Ya Allah. Başlayaq dostlarımızı dəvət eləyək. Tamam, ben dostlarım birazını çağırdım. Umarım ki salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki bu gün də daha bir gözəl bəhslərlə dərinləşək, siyasətə bir qapı açaq, siyasətin düşüncəsinə, düşüncələşək, yəni düşüncəmizi dərinlədək. Biz mütəəssifانə keçən 200 ildə düşüncə dayazdığına, hətta düşüncəsizliyə mübtəla olduğumuzdan dolayı həm milli dövlətlərimizi, Türk dövlətlərini əldən vermişik, həm də torpaqlarımız, beyinlərimiz xüsusən beyinlərimiz müstəmrə olubdu, işğal olubdu. Sayın xeyirli bir bəhsimiz olsun bu günləri. Hətmən də olacaqdır. Çünki heç millət fikirsizlikdən doğmaz. Düşüncəsiz bir millət ortaya çıxmaz. Düşüncəsiz bir dövlət də ortaya çıxmaz. O millətdir ki, düşüncəsi olar. Və əgər düşüncəsi olsa, gecə tezi dövlətin qurar. Bu ölkə işğal olubdur. Tarixdə çoxlu dəfələr millətlər, dövlətlər işğal olublar. Beyinlər işğal olublar. Amma o millətin düşüncəsi olursa, o düşüncə əsasında yenidən doğar. Yenidən qalxar ayağa. Və düşüncə sahibləri çox az olar. Yəni siz baxın tarixə, insanlıq tarixinə, yazılı tarixdən danışıram. Yazılı tarixdə neçə dənə düşüncə adam görərsiniz? Sayı azdır. Niyə? Çünki əslən düşüncə sahibi olmaq özü çətin bir işdir. Düşüncə sahibi, salam aleyküm, xoş gördük Eldar bəy. Necəsiniz? Başkanım, yaxşısınız? Siz necəsiniz? Sağ olun başkanım, teşekkür ederim, var olasınız. Əslində Hoş geldiniz. Başkan sizsiniz, biz sizin rəiyyətlərinizik. Xeyr, cənabınız başkansınız və biz də sizlərdən öyrənirik. Var olun, var olun. Xüsusən Hamımız əskərim. Təbii ki, hamımız millətimizin və dövlətimizin əskəri olmağa çalışırıq. İcazə buyurun, mən rəsmi olaraq başlayayım proqramı. Gün çalışmışam, maaşımı. Nə gözəl, çox gözəl, çox gözəl, səvindim, çox səvindim. Salam, əziz və hörmətli dostlar. Hər kəs ki, indi burada gələcəksiniz, bugün görəcəksiniz, yoxsa gələcəkdə bu videonu görəcəksiniz, bizim sözlərimizə qulaq asacaqsınız, bizim saygımızı, hörmətimizi qəbul edin. Çox sevinirik ki, bizimlə siz, umaram ki, düşüncə konusunda bizlə bərabər olasınız və bunu genişdirəsiniz, bu düşüncələrimizi genişdirəsiniz. Biz bir proje tərif elədik, düşüncə otağı və bu düşüncə otağının adını qoyduq, düşüncə bağı. Ora bir proje seçdik, tərif elədik. O projədə bu oldu ki, Güney Azərbaycan və İranda yaşayan türklərin siyasi partilərini gətirək, onların nümayəndələri gəlsin və özlərinin düşüncələrin bizim millətimiz haqqında, hətta qavramların haqqında, hətta sözlərin haqqında bizə izah eləsin ki, görək nə cür düşünürlər. Bu haqda 11-12 dənə partini dəvət elədik. Bunlardan ikisi dedi gəlməyəcəyik. Biri dedi ki, soruşacağam, sonra cavab verəcəyəm. Gələnlərdən Güney Azərbaycan İstiqlal Partisi Salih İldırım cənablarının liderliyi ilə gəldilər və 6 gün canlı olaraq burada videoda
cavab verdilər sorularımıza. Sonra da 6-7 gündən sonra cavab verdilər. Bunlardan 10 günün milli ərdəmli unvanını aldılar və bir gündə ən ərdəmli oldular. Niyə ki, hər kəs əgər bir ayrı şəxsi, bir ayrı partini, bir ayrı düşüncəni düşüncəsi yox, amma adam və parti tənqid edərsə, onlara mənfi nömrə veririk. Onun üçün, məsələn, fəqət adın səhmə olan Günaz TV, ondan nömrə kəsr elədik. O nömrədən dolayı biraz o milli ərdəmlilik rütbəsindən bir gün gəldilər şayət. Ondan sonra Güney Azərbaycan Demokrat Türk Birliği Təşkilatı Başkanı söz vermişlər, gəlsinlər, mütəəssifanə 6 günün altısında da gəlmədikləri üçün 60 mənfi aldılar. Yunus bəy Şamili Azərbaycan Demokrat Partisi tərəfindən təşrif gətirdilər, 6 gün huzuri danışdılar. Birində Çehriqani cənablarına işarə elədikləri üçün mənfi aldılar, yəni bir aşağı düşdü, amma 5-də milli ərdəmli, birində ən ərdəmli oldular. Amma ondan bu üzrə mütəəssifanə hələ video göndərməyiblər. Bilmirəm ki, niyə? Biraz kahıllıq edirlər. Umarım kahıllıq eləməsinlər. Üçüncü parti ki gəldi, Azərbaycan Mərkəz Partisi. Salih Kamilari o partinin lideri olaraq təşrif gətirdilər. 6 günün 5 günündə gələ bildilər və hər 5 günün 5-də də milli ərdəmli nişanını məndən aldılar. Və ərz edeyim ki, bir dana da böyük iş gördülər. Bilirsiniz, Salih Kamilari cənabların bir televizyonları var 24 saatı. P2-dən ya Mahvarədən ya Satellaytdan yayılır və orada da bizim proqramlarımızı ən başdan başlayıblar. 24 saatda hər proqramımızı 2 dəfə yayırlar. Çox sağ olsunlar, var olsunlar. Və dördüncü parti ki, dəvətimizi icabət elədi, təşrif gətirdi. Güney Azərbaycan Milli Qurtuluş Partisi. Eldar bəy Qaradağlı cənabları bu partinin başkanı olaraq təşrif gətirirlər. 3 gün, keçən günlərdə danışıblar, bugün 4-cü gündür. Keçən hər üçünündə də milli ərdəmli nişanın alıblar. Umarım ki, bugün və gələn 2 günlər də elə bu rivalından geçsin. Eldar bəy, çox xoş gəlmişsiniz, təşəkkür edirəm. Siz də buyurun, əgər salam əleyk edirsiniz, sonra bərabər sorularımıza başlayaq. Buyurun. Təbii ki, sizin salamlarınıza qatılıram. Hər kəsi buradan salamlayıram. Bütün əziz soydaşlarımızı İndi Türkiyədən, Azərbaycandan, güneyimizdən, hər bir yerimizdən hamısına sayğılarımı buradan göndərirəm. Çox sağ olun, var olun. Biz dünənləri vətən nədir danışdıq, biraz daha çox izahlı danışdıq. Bu günləri vətəndaşları danışacağıq. Vətəndaş kimdir, nədir, nə karədir, nə haqqıları vardır. Sizin təşkilatın anlamı vətəndaş sözündən nədir? Vətəndaş bir vətənə tabi olan, bir vətənə aid olan, bir vətənin dövlətinin demək ki, toplumunun bir üzvü olan şəxsə vətəndaş deyilir. Bu vətəndaş təbii ki, demək ki, haqları, hüquqları o məmləkətin içində, daxilində demək ki, o zamana qədər ki, dövlət tərəfindən tam olaraq iadə olunur, kamil vətəndaş sayılır və demək ki, ondan sonra durumlarını, vəziyyətlərini danışarıq. Ümumən dedim ki, bir tərif deyim biləcə vətəndaşlar. Buyurun. Dedim da, vətəndaş. Təşəkkür, bəli. Onu anladım. Dedim, istəyirsiniz əlavə eləyəsiniz. Vətəndaşı və vətəndaşlığı elmi, siyasi və hüquqi olaraq necə tərif edirsiniz? Yəni, o bir dənə ümumi bir tərif idi. İndi mən istəsəm elmi, siyasi və hüquqi bir tərif istəsəm ki, onun əsasında desin, insanlarımız desin ki, biz Eldar bəyin partisi iş üstə gəlsə, biz bu haqlara sahib bunu danışıqlarda da dərs deyə bilərik universitetlərdə. Doğrudur. Hal-hazırda demək ki, Azərbaycanın güneyində olan soydaşlarımızın və İran çevrəsində, ətrafında, Çində yaşayan bütün demək ki, orada olan Türk soydaşlarımızın heç birinin daha doğrusu həqiqi və hüquqi bizim baxışımızdan həqiqi və hüquqi vətəndaşlığı yoxdur.
Çünki vətənimiz işğal altındadır. Vətənimizin işğal altında onun olduğuna görə, demək ki, bizim vətəndaşlıq tərifimiz, vətəndaşlığın etdiyimiz tərif hardasa dünyanın və BMT-nin qanunları əsasında rəsmiyyətə tanınmır. Eyni zamanda İran adlanan ölkənin də rəsmi dövlət demək ki, statuslarında bizim tərifimiz geçmir. O baxımdan vətəndaşı olmayan vətəndaşları itlaq oluna bilər bizim insanlarımıza, vətəndaşlığı olmayan vətəndaşlar. Niyə? Çünki o vətən hər zaman 100 il, demək son 100 ili çıxaq, hər zaman bir dövlət sahibi olubdur. Və o dövlətdə bizim soydaşlarımız hər zaman dövlətin, daha doğrusu içində, dövlətin fəaliyyətində iştirakçılar olublar. Və ona görə də o vətəni indi sulalə vətənləri sayılır. Bu sulalə vətənləri, türk sulalə vətənləri, ya ölkəsi, ya imperiyası, belə deyək. Yəni geniş götürsək. Bunun bir hüquqi və həqiqi, daha doğrusu dövlət hükmü daşıyan bir vətəndaşı sayılır. Hal-hazırda biz əgər bunu istəyək ki, bu günə tətbiq verək, biz bunu belə deyirik ki, Azərbaycan demək ki, insanlar bu günləri bir neçə vətəndaşlıq və təkcə bir soydaşlıq düşürlər. Soydaşlıq və vətəndaşlıq indi ikisi fərqli bir terminlər olduğuna baxmayaraq, bizim millətimizin içində, bizim həm partiyamızın içində, daha doğrusu, çox işləndirir. Biz əlbəttə ki, daha doğrusu, çox siyasi terminlər əsasında işlədəndə vətəndaşlığımızı bərpa edəcəyik deyə, vətəndaşlığımızı yenidən qazanacağıq deyə. Yəni, belə deyək, Güney Azərbaycan Türk Cümhuriyyətinin bizim zəmimizə, Güney Azərbaycan Türk Cümhuriyyətinin vətəndaşı olan hər kəs o şəxsidir ki, onun sınırları içində yaşır, onun pasportunu daşır, onun qanunlarına tabidir, onun hüquqlarından bərxurdardır, onun demək ki, həm içəridə, həm eşikdə təmsilçisidir. İçəridə və eşikdə təmsilçilik nə demək? İçəridə demək ki, bütün vücudu ilə dövlətini hifz edən və eşikdə bütün vücudu ilə dövlətinə diasporaçılıq edən və lobuçuluq edən bu şəxslər baxmayaraq, əgər demək, öz vətənlərindən uzaq yaşasalar, yenə vətəndaş sayılırlar. Məgər o zamana qədər ki, yeni qanunlar ortaya gələr. O yeni qanunların əsasında dövlət çiftə vətəndaşlığı qəbul edə bilər. Sonra çiftə vətəndaşlığı rədd edə bilər. Bu, bugünün söhbəti deyil. Bu, gələcəkdə Azərbaycan dövlətinin, demək ki, məsələsidir. Bunun ümumiyyətlə həm hüquqi, həm siyasi nöqteyi-nəzərdən tərifini mən hamısını birlikdə sizə dedim. Yəni, Acaba bunu bir xülasə desəz, çox uzun oldu mənim zehnimdə, indi deyək ki, hüquqi tərif nə oldu ya siyasi. Bunu bir xülasə bir neçə cümlədə qıssa desəz? Demək ki, siyasi vətəndaşlıq odur ki, bir insan bir məhdudənin içində onun qanunlarını, onun demək ki, hüquqlarını qəbul edir, onun siyasi hakimiyyətini, necə deyim, yəni belə siyasi hakimiyyət deməyək, siyasi dövlət deyək, dövlətini qəbul edir, hakimiyyətləri qəbul etməyə bilər, amma dövlətini qəbul edir, buna siyasi vətəndaşlıq deyilir. Hüquqi vətəndaşlıq odur ki, bir insan yaşadığı ölkədə, o ölkənin bütün demək ki, toplumsal, siyasi və həqiqi, hüquqi işlərində iştirak edir, səs vermə haqqına malikdir, səs vermə haqqı ilə demək ki, özünün nümayəndəsini seçir
səs vermə və səslə iştirak etmə haqqına malik olduğuna görə hətta o ölkənin ən başına qədər çəkilib gedə bilir. Bunun o hüquqi vətəndaşlıq demək. Hüquqi vətəndaşlıq olur. Mən bu tərifdə bir cəlib nöqtəyə təvəccüh elədim. O da budur ki, indiyəcən mən gördüyüm təriflərdə bu tür tərif ediblər. Vətəndaşlıq dövlət tərəfindən Təbii. var olan dövlət tərəfindən millətlərə verilir, ya insanlara, bireylərə verilir. Amma sizin tərifinizdə bunun tərsini görürəm. Bireylərdir ki, dövləti qəbul edirsələr vətəndaş olurlar. Bilirsiniz, bireyin demək ki, dövlət yaratma gücü olmasa, dövləti olmasa vətəndaşlığı da yoxdur. Bu bireydir ki, dövlətin yarandığı və dövlətin vasitəsilə demək ki, vətəndaşlıq qazandığı orada yaşayan insanlara. Yox, fərz edin ki, cənabınız məsələn o məmləkətdə ki olursunuz, burada sizin bir evladınız olur, ya özünüz əsən oraya getmişsiniz, bir müddətdən sonra siz o dövləti qəbul eləməsəz vətəndaş ola bilməzsiniz. Ya qəbul eləməlisiniz. Sizin tərifinizdən bu çıxır ki, birey dövləti qəbul eləməlidir. O halda ki, indi dünyada dövlətlərdir ki, bireylərə vətəndaşlıq imtiyazı verirlər və vətəndaşlıq haqqı verirlər hətta. Əlbəttə, burada heç bir tənaqüz yoxdur. Bəlkə belə deyək ki, demək ki, bu qanun ümumiyyətlə dövlət qanunudur. Dövlətin anayasasından nəşət tapmış, gəlmiş qanundur. Və dövlətin ümumiyyətlə qanadlarına bağlı olan, demək ki, o anayasanın çərçivəsini təşkil edən bir qanundur. Bu dövlət qanunudur. Amma mən ümumiyyətlə özüm deyəndə dedim ki, Azərbaycanda Güney Azərbaycan vətəndaşlığı bu günlər bizim baxışımızla dünyada qəbul olunmur. Çünki bizim vətənimiz hələ işğal altındadır. Bunu bilək. Mən istədim elə bunun üstünə barmaq basaq ki, cənabınız Azərbaycan işğal olduğu üçün Azərbaycanlıların dövləti qəbul eləmək şərti ilə İran məsələn vətəndaşı olurlar. Yoxsa indi orada dövlət mənə hər nə verir versin, amma mən onu qəbul eləmirsəm, onun vətəndaşı deyiləm. Bu bir haqq gətirir mənə ki, ona üsyan da eləyə bilirəm. Təbii bu tərif məncə daxı mənim ağlıma batır yəni bu. Əvvəldə bunu söylədim sizə. Dedim ki, biz Güney Azərbaycanlılar demək ki, vətəndaşlarıq. Bunu dedim biləcə. Və bunu qazanmaq üçün mütləqa Güney Azərbaycan Türk Cümhuriyyətinə də təkid etdim. Bəli. Dedim ki, ondan sonra biz o şərtlərlə demək ki, o cümhuriyyətimizin vətəndaşı olacaq. Amma ümumi tərif əsasında təbii ki, yəni keçici tərif olur, yəni dövləti qurunacan tərif olur, yoxsa dövləti qurandan sonra da aynı odur. Deyək ki, biz sabahları Güney Azərbaycan Türk Cümhuriyyətini qurduq. Əcəba ondan sonra bireylər o dövləti qəbul eləməkləri şərtdir, yoxsa ondan sonra dəyişilir, dövlətdir ki, orada olanlara vətəndaşlıq haqqı verir. Zaten belə bir şey vardı. Biz dövlətimizi ki qurduq, dövlətimizi qurandan sonra dövlətimizi qəbul etmişik otomatik. Otomatik olaraq dövlətimizi qəbul etmişik. Millətimizin ümuriyyətini tapşırıq dövlətin əlinə. Və dövlətin qanunu olur bu. Dövlət qanunu olur. Tamam, tamam açıqlandı. Təşəkkür edirəm, çox gözəl. Vətəndaş olmanın özəllikləri və şəraitləri nədir? Vətəndaş olmanın şəraitləri çox rahat deyə bilirik ki, hər vətəndaş yaşadığı ölkənin bütün ümuriyyətində müşarikət haqqı var. Parlamentində seçim haqqı vardır, prezidentliyində, baş nazirliyində. Bu şeydir, bu birisi sorudur. Məzələn, bu birisi sorudur. Bu soruda bunu soruşuram ki, şəraiti nədir? Mən nəticə ola bilər, hangi şərtlərdə vətəndaş oluram? Ya vətəndaş qəbul olur. O şəraiti vətəndaşın vəzifələri ya işləridir. Amma indi burada soruşuram ki, hangi şərtlərdə bir nəfəri ya bir ailəni vətəndaş qəbul edirsiniz? Aha, bu taza bir sual oldu. Yəni, demək ki, hangi şəraitdə dövlətin əsasən dövlətin fikri, nəzəri, düşüncəsi vətəndaşlıq əsasında özünün
birinci var olan şərtlərinə dayanır. Var olan şərtlərinə dayanır. Yəni bu ki, mən demək ki, filan kəsi istəyirəm vətəndaş götürəm. Mənim bunu bayındırmağa, bunu yaşatmağa, bunun ailəsini, özünü aya şəraitim vardır, yoxdur. Bax, bu dövlətə aiddir. Bu dövlətə aid. Dövlətin həqqı vardır ki, bu məsələdə demək olar ki, neynəsin? Əlbəttə, bu nə zamandır? O zamandır ki, bir vətəndaş öz ölkəsindən çıxıbdır, gəlibdir, məsələn, bizim ölkəmizə, istəyir bizim vətəndaşımız olsun. Yoxsa, birisi öz vətənində anadan olandan zaten istər-istəməz vətəndaşlığını qazanıbdır bu. Və otomatik olaraq vətəndaşdır. Məsələn, bir dənə uşağı, bir dənə körpəni gətirib də sadiq eləməzlər ki, əcəba bunun mənə xeyri var, mənfəəti var. O zaten otomatik olaraq pasportunu alacaq, vətəndaşlığını alacaq. Amma o şəxslər ki, gəlib də vətəndaşlıq diləkçəsi veriblər eşikdən, bunların şərtlərinə baxır. Birinci öz şərtlərinə baxır, ikinci onun şərtlərinə baxır. Yəni bu ki, demək ki, öz yerindən, yurdundan qaçmış müxalifətdir. Bunun canı təhlükədədir. Bunun demək olar ki, hüquqi məsələləri vardır, toplamsal, ictimai məsələləri var, dinsel məsələləri vardır. Və tut geçsin, bu cür, yəni daha doğrusu çoxlu səbəblər vardılar ki, bir dövlət eləyə bilər bunların hamısının üzərində qonub və öz şərtlərini ortaya qoysun ki, əcəba bu şərtlərlə bu şəxs mənim vətəndaşım ola bilirmi? Ola bilmir. Yəni budur. Tamam. Şərtlər bundan ibarət. Deyək ki, məsələn, bir dənə Güney Azərbaycanlı dövlət qurulubdur, bizim dövlətimiz var. Bir dənə Güney Azərbaycanlı, bir dənə Rusla evlənib, bir dənə Erməni ilə, bir dənə Kürd ilə. İndi xanım ya ağa. Bunların evladı olubdur və o ya xanım gəlib bura, ya o ağa gəlib bura, fərq eləməz. İndi bunların vətəndaşlığı nə olur? Yəni o ər deyək, ya xanım deyək, ya o evlad deyək. Onların vətəndaşlığı necə olur məsələn? Yenə hər ölkənin özünə görə vətəndaşlıq hüquq qaydaları vardır. Yəni əslində heç bir ölkə bir-birinə bənzəmir. Hətta biz bu günləri ki, Avropa Birliyində baxıb görürük ki, vətəndaş qəbul etmə şərtləri kağız üstündə bir olsa da, eyni olsa da, amman ölkə fərq etməkdədir. Bir ölkə, məsələn, VMT demək ki, gəlir, səhmiyə verir. Deyir ki, bu günləri, qoy belə deyək, məsələn, Suriyədə savaşdır, oradan mütləqa mültəcilər gələcəklər, bu mültəcələrə bu şəraitləri nəzərə al, sənə bu qədər, sənə bu qədər, sənə bu qədər, sənə bu qədər. Ancaq baxmayaraq ki, o səhmlərin demək ki, qarşılığını BMT verir, bir çoxun verir daha doğrusu. Amma bu ölkələr özlərinin şəraitlərinə baxırlar. Məsələn, baxır demək, deyir ki, mənim bu günləri 10 milyon cəmiyyətim vardır. Bu 10 milyon cəmiyyətimin 1 milyonu gəlmədi. 1 milyonu gəlmədi və bu gəlmələrin demək ki, doğum və artım yüzdələri demək ki, %5, %6. Amma mənim öz soydaşlarımın, öz vətəndaşlarımın doğum artımı sıfırda dayanıbdır. Bu nə deməkdir? Bu o deməkdir ki, 20 ildən sonra artıq eşitlik, bərabərlik olacaq gəlmələrlə geylərin arasında, yerlilərin arasında. Və bunu düşünən siyasətçi anında gəlir, əl qoyur, demək ki, yox, mənim öz müdafiə haqqım. Bu müdafiə haqqı ortaya qoyanda demək ki, BMT-nin qanunlarını ayaqlayır və qəbul etmir. BMT də buna heç bir şey deyə bilməz. Nə bunu öz üzvlüyündən ata bilər, nə o sazmanın üzvlüyündən ata bilər və nə də deyə bilər ki, sən mənim qanunlarımı riayət etmədin. Bax, burada indi bizə gəlincən ki, əlbəttə fərzidir. Yəni, mən burada əsas tutanda daha doğrusu o var olan şərtlər, yəni obyektiv şərtlər əsasında danışmaq istəyirəm. Amma bizimki demək ki, fərqli olduğuna görə biz gələcəkdə
öz cümhuriyyətimizi qurduq və öz cümhuriyyətimizə bir Kürt, bir Ərəb ya bir erməni evləndi və evlənmə şərti ilə dedi ki, biz istəyirik ki, sizə vətəndaş olaq. O zamandakı evlənmə şərti ilə demək ki, biz mültəciyi qəbul eləyəcəyik mi, eləməyəcəyik, ya başqa bir şərtlərlə, məsələn bu ki, bizim bu günləri demək ki, çox sənayemiz yüksəldi, getdi qabağa, bizim işçiyə ehtiyacımız vardı. İşçiyə ehtiyacımız olanda gəlirik deyirik ki, məsələn deyirəm, biz işçi vizası ilə qəbul edirik. Amma evlənmə vizası vermirik. Bilirsiniz, o zamanın işidir. İndi deyə bilmərik bunu. Amma siz demişkən, bunların hamısına təbii ki, Bu olacaq, bu təbii bir işdir. İndi məsələn, Kürdlə biz qonşuyuq, Erməni ilə qonşuyuq, Farsla qonşuyuq, Şimallı ilə qonşuyuq. Sabahları mənim oğlum, qızım, biri ilə bunların evlənəcək. Doğru. O özü vətəndaşdır, biri ilə də evlənibdir. Yəni dövlət deyəcəkdir ki, sən sevmə haqqın yoxdur. Sən tüm sevmirsən, mən onu vətəndaş qəbul eləmirəm, nədir olacaq? Onda bunların evlatları olacaq. Yarısı burada, yarısı orada. Bunlar indidən düşünməlidir. Mənzurum budur. Bundan ötürü soruşuram ki, biz bunlar, bu məsələn pənahəndə deyil, mültəci deyil. Bu bir gönül şeyidir, hal verir. O ictimai şey olur. Demək ki, mültəci olur, siyasi olmur və ailə birləşməsi ona deyilir. Ailə birləşməsi deyilir. Dediyim kimi, bunlara bu günləri biz heç kim, yəni hər kim gəlsə də desə ki, nə bilmirəm da, yəni mən buna mütləq cavab verə bilməm, bu günləri kəskin axı bir şey yoxdur, sən ona cavab verəsən. Sadəcə və sadəcə biz demək ki, ön görüş ortaya qoyuruq. Ön görüşlərimiz bundan ibarət ola bilir. Amma yenə deyirik ki, yox, bu günləri gerçək və var olan qanunlar əsasında, ya belə deyək ki, rabitələr, münasibətlər əsasında bu var ki, mən də onun bir nümunəsini sizə söylədim dedim. Tamam, təşəkkür edirəm. İndi xülasə soruşsaq, vətəndaşlar kimlərdir, kim hesab olur vətəndaş və kimlər vətəndaş hesab olunmur sizcə? Sizin partinin baxışında. O şəxs ki və ya o ailə ki, demək ki, bir ölkənin pasportunu daşır, o ölkənin milli demək nömrəsi vardır ki, həmanın pasportu olur, pasportda zaten milli nömrə. O vətəndaş sayılır. Ondan qalan heç kim vətəndaş sayılır. İndi bu əlbəttə Azərbaycan dövləti qurulandan sonranı bunu deyirsiniz ya hər vaxt? İndi söhbəti dünyanın şərtlərinin əsasında söhbət. Yəni indi biz İranın Türk pasportunu daşırıq məsələn, İranlı hesab oluruq, vətəndaş hesab oluruq. İran qanunlarında siz İranlı vətəndaşsınız. Amma özün bunu rədd edə bilərsən. Amma İran bunun rəddini qəbul etmir. Doğru. Nadir ölkələrdəndir ki, dünyada bir tərəfli demək ki, haqqı məşruiyyət qazandığı və bir tərəfli onu ləğv edir. Doğru. Vətəndaşlıq hakimiyyətin tərəfindən verilən və rəsmiləşən bir geçici siyasi, hüquqi durumdur, yoxsa əzəli, əbədi bir durumdur? Haqdır. Heç bir şey, özəlliklə gəlmələr üçün heç bir şey əzəli, əbədi olmur. Əgər birisi bir vətəndaşlıq qazanıbsa, amma o vətəndaşlığından cinayətə təşəbbüs, ondan sonra ölkənin dövlətçiliyinin əleyhinə təşəbbüs, demək ki, sivil toplum quruluşlara təşəbbüs, sivil toplumlara mənfi təşəbbüs ortaya qoyursa və bu 2 dəfə, 3 dəfə demək ki, yargı kanalından keçirsə, o dövlətin haqqı vardır ki, bunun vətəndaşlığını əlindən alsın. Demək ki, mütləq deyil. Onda bu necə olar? Yəni məsələn deyək ki, bir dənə Güney Azərbaycanlının 3 dəfə adam öldürübdü, 3 dəfə də həbs-əbədə məhkum olubdu. Sonra biz bunun vətəndaşlığını aldıq, dünyada bunu qəbul eləmir. Bu nəyə necəyik? Yəni necə ki, məsələn, necə olacaq? Baxın,
biz yenə deyirəm, mən indi var olan məsələlərdən danışıram. Amma ora geçince orada demək ki, öz təəssüratımızı danışacağıq. Burada indi hüququ danışırıq, söhbət edirik. Orada fərzi danışacağıq. Məsələ bu günləri belədir. Dünyada BMT-nin qanunları əsasında belədir. Vətəndaşlıq alıb Deyək verməsi ki, indi deyək ki, Amerikada bir nəfər çıxır, tüfəngi götürür, gedir bir mədrəsədə 40 dənə uşaq öldürür. Hadisələr üz verib. Acaba Amerika dövləti bunu deyir ki, mən sənin vətəndaşlığını qəbul eləmirəm, salır eşiyə. Əgər o demək ki, doğma oranın vətəndaşıdırsa, onda şərtlər qoyurlar. Əsnək olur. Yox, əgər demək ki, gəlmədisə, əlbəttə Amerika dövləti bunu ixrac edə bilər. Və dünyada hər hansı dövlət. Doğru. Əlbəttə belə düşünürəm. İnsaf Əli bəy, mən belə düşünürəm. Onun müstəqil Kanadada var. Kanadada bu son zamanlarda bir 4-5 il bundan qabaq bir qanun tərif elədilər. O da buydu ki, minor crime deyə. Hətta misal vurdular ki, məsələn, biri şiraq qırmızıdan geçsə, məhkəməyə də vermir. Əlbəttə bu doğulmuş yox ha. Onlar ki, mültəci olaraq gəliblər, vətəndaşlıq, iftixari vətəndaş deyir bunlara. Deyir ki, bunlar geçici vətəndaşdırlar. Yəni, bir cürm eləsələr ya vətənlərində vəziyyət düzəlsə, qeydə bilərlər. Bunları o cürsüz qəbul edir. Deyir ki, əgər çıraq qırmızı geçsə, polis müdariki ilə fəqət, polisin idarəsi eləyə bilər bu adamı deport eləsin. Qabaqdan dadqaha gedirdi. Böyük crime'larda, yəni adam öldürsəydi, məvad müxəddir satsaydı, bu tür zamanlarda gelirdi məhkəməyə, məhkəmə mümkün idi ötürə Kanadadan eşiyə. Amma indi minor crime deyə deyir ki, kiçik belə şey deyiləsə, bunu vətəninə göndərmək olar polis özdə. Məhkəməyə heç ehtiyacı yoxdur ki. Yəni, belə bir qanun geçib. Bilmirəm, dərsimi bir qədər düz oxumuşam. Təqib eləməmişəm, görəm ki, şeydir, nə deyərlər, bu Kanada dövləti bunu həsb elədi ya yox, çünki anayasanın üstünə bu məncə xilafdır, amma hər halda təqib eləməmişəm, görəm ləğv oldu yox. Tamam, vətəndaş və vətəndaşlıq haqqın, vətəndaş özü, vətəndaşlıq haqqını ata bilərmi? Ata bilər, ancaq ölkədən ölkəyə fərqi var. Dediyim kimi, İranda sən vətəndaşlığı atanmazsan. Sən vətəndaşlığı özünü atan. Biz hamımız vətəndaşlığımızı atmışıq. Eləmi? Mən ki atmışam. Mən zaten vətəndaşlığımı atmışam mən. Amma o qəbul etməz. Sən bu günləri, mən bu günləri demək ki, vurdu başıma dedim ki, bu Cümhuriyet İslamı dünyanın ən gözəl hakimiyyətidir. Mən niyə indiyə qədər bu qədər səhv eləmişəm onun qarşısında? Gedirəm, pasportunu alam. Bu günləri əgər belə telefonla desəm ki, səfirət, mən pasport istəyirəm sizdən, pasport istəyirəm. Deyəcək, böyük təşrifkəti 24 saatin içində də, 48 saatin içində də pasport verəcək. Kim oluram onu verəcək? Çünki məni istəyir orada. Mən zaten onun dedi ki, tələbiyəm dünyadan. Məni istəyir. İran belədir. Amma demokratik ölkələrdə belə bir şey yoxdur. Demokratik ölkələrdə əgər birisi vətəndaşlığın atdı, onun bir daha vətəndaş olması çox böyük bir proses olur ki, bu prosesin %99, %95'i mənfi. Tamam. İndi o sualın arkasında vətəndaş o haqlardandır ki, heç bir şəraitdə sərf olunamaz mı desəm? Olunur. Mən dedim ki, olunur. Ola bilər. Dedim, olunur. Çiftə vətəndaşlığa sizin parti necə baxır? Bizim çiftə vətəndaşlığa partimizin baxışı çox müsbətdir. Çünki bizim uzun zaman Güney Azərbaycanımızın istiqlaliyyətindən sonra nəinki çiftə vətəndaşlıq, süblə vətəndaşlıq ehtiyac olacaq. Yəni bunu bilirsiniz də, bunu biz ümumiyyətlə belə deyim ki, bax dün danışdıq, dedik ki, demək ki,
sabahları hər hansı bir hadisə üz verə bilər. Bax, hər şey dəyişir sürətlə. Hər bir şey dünyada dəyişir sürətlə. Sabahları sürətlə dəyişən məsələlərin bir çoxunun xeyri bizədir. Bu xeyri bizə olduğunda Güney Azərbaycan müstəqil demək ki, hakimiyyətinin, dövlətinin Kuzey Azərbaycanla münasibətləri bir sürə demək ki, birləşməyə sarı zaman istəyir. Eyni zamanda bir konfederasyon haləti Türkiyə və Azərbaycan, yəni bütöv Azərbaycan söhbət edəndə yenə böyük bir nədir? Bir prosesə ehtiyacı vardır. Burada nədən bizim daha doğrusu subla vətəndaşlığımız olmasın? Əlbəttə ki, demək ki, dublə vətəndaşlıq, sublə vətəndaşlıq ya çiftə vətəndaşlıq, bunlar hamısı qanunlardırlar ki, bizim zamanında, vaxtında təşkil tapacağı hakimiyyətimizin, hökumətimizin qanunları bunu demək ortaya qoyacaq. Mən bir zaman bir düşüncəni mətrəh elədim, amma ciddi tutulmadı. Burada da mətrəh eləyim. O da budur ki, Rusiya Ukrayna işğal edəndə, hətta mən bu bir video gördüm. O da cəlib idi. Rusiyadan bir adam Amerika səsi ilə fikirlə BBC ilə müsahibə edir. BBC ilə canlı müsahibə edir ingilis dilində. O cəlib idi. Dostlardan biri qoymuşdu. Onu Salih bəy Kamrani bunun altında da bir yazı yazmışdı, qoymuşdu. Çox gözəl. Mən onu qulaq astım. Gördüm dəqiqən eləcə mənim o düşüncəmi deyir. O düşüncəni istəyirəm burada yatılmışaq bir şey olaraq qoyum ortaya. Buradan da dostlar eşitsinlər. O da budur ki, Rusiya iddia edir. Çünki Ruslar Ukraynada var və onların dilləri Rusdur. Və bir hətta bəzi ustanlarda bir çox Ruslu var, vətəndaşlı var. Rusiyanın haqqıdır ki, ora ordu çəkə, onları ayıra. Və o dövləti yıxar, Ruslar orada daha çox azad olaraq, dili rəsmi olar falan. Hətta o adam İranı misal vurur ki, məsələn, türklər gələrlər, istəyərlər sizin farsi dilini yıxalar yerinə türkçə dil qoyarlar, siz onlara icazə verərsiniz, yoxsa ordu ilə onları aradan apararsınız. İndi mən bunu düşünürdüm ki, əcəba, Kuzey Azərbaycan və Türk dövlətləri, Türkiyə və o birisi Türk dövlətlər eləyə bilməzlər, gələrlər deyərlər ki, bu İran adlı siyasi varlıqda yaşayan insanlara biz pasport veririk. Hər kəs istərsə vətəndaş qəbul edirik. Lazım deyil ki, elə burada yaşaya, bunu daşısın, amma bizim vətəndaşımız. O, Türkiyə bir dənə hüquqi bir şey düşür da, zəmin yaranır ki, əgər dünya qəbul eləsə ki, Rusiya, Ukrayna o cürlük də ayırsın, o hüquqi bir zəmin yaradır ki, Türk dövlətləri bir zaman güclü olsalar desinlər, tamam. Əslən İranda inqilab olmasa da bunlar eləyə bilərlər ki, ordu gücü ilə girələr, gələ bizim orada vətəndaşlarımız var. 50%, 60% Azərbaycan, ya Tehran, ya Kərəc, ya İsfahan belə Türkdür və biz buranı istirik ki, Türkləri ayıraq, qataq özümüzə. Bütün bunlar bizim vətəndaşımızdır. Mən bunu ciddi görmədim. Heç yerdə bəhs də olunmadı. Amma mənim nəzərimə bizə hüquqi bir şeylər və Türkiyə yazada da çox qazandırar. Yəni 40 milyon Azərbaycanlının pul gücü geçsə ora, düşüncə gücü. Yəni məsələn biz İran bankına pullarımızı qoyaq Türk bankına. Məncə böyük bir şey olar, fərq olar. Hər halda belə bir düşüncəm var mənim, amma umarım ki bir gün kaş olsun, amma kaş ondan qabaq demək ki 35 ildə həll olunmamış bir məsələ həll olsun. 35 ildir həll olunmamış bir məsələ həll olsun. Güney Azərbaycandan Azərbaycanın mənəm oğulları 35 ildir Kuzey Azərbaycanda yaşayırlar və oradan da çıxmağı istəməyiblər. 35 ildir bunlar vətəndaşlıqdan səhlidir. Bir dənə bitikdən belə məhrumdurlar. Çox təəssüflə, çox təəssüflə. Çox təəssüflə ha. Yəni bunu nə deyək? Biz nə deyək? Kimə deyək? Kimə şikayət eləyək? Kimə şikayət eləyək? Yəni təsəvvür eləyirsiniz, o bir əziz milli dəyərimizi, 2 uşaq sahibi, demək ki, xanımısı Azərbaycanlı, yəni Bakıdan, özü döktüradır,
Doktorasını da Azərbaycandan aldı. Diplomunu Azərbaycandan aldı. Doktorasını Azərbaycandan aldı. Təsəvvür eləyin siz. Təbrizdə bir ilməhsəlan ailəsindən çıxıb. Adam bu günləri demək ki, ən önəmli yerlərdə çalışır. Yaxşı da qeyrilə bilərsin, təhvil alırlar. Amma xanımısı vətəndaşdır, 2 uşağı vətəndaşdır, özü ildən ilə bir qeylə, oturumla oradadır. Bunu mütəəssifانه, yəni doğrudur. Doğrudur. Kaş Azərbaycan dövləti ya Türkiyə dövləti bu qədər də İrandan çəkinməyələr. Tabii ki. Bu günləri Türkiyədən, dünənləri mənə xəbər verdilər ki, 10 ay demək ki, göndərmə kəmpində olan bir əziz sənətçimizi, çox dəyərli bir milli demək ki, fəalımızı 10 aydan sonra göndərmə kəmpindən götürüblər, gətirib veriblər qaldığı şəhərə və deyiblər ki, git. Tamam, bu da sevinə gəlir. Okey, sevindim, mən də sevindim. Bilirəm kimlə danışırsınız. Dünənləri tutdular bilərsin, deport edin. Allah Ekber. Yəni, baxın, bu bizim dərdimizdir. Çox təəssüflə bu dərdimizə cavab verən hələ dövlətimiz, hakimiyyətlərimiz yoxdur. Allah Ekber. Ona görə sizin çox kədərləndim. Gözəl təfəkkürünüz, fikriniz, nəcib fikriniz çox gözəldir. Çox gözəl idealdır. Amma gerçəklərimiz də bu günlər bu. Suriyə, bilirsiniz, Suriyədə neçə milyon insana kimlik verdilər, qaçqın ərəblərə. Amma Güney Azərbaycanlıların ürəyi tapıldır Türkiyədən ötürü, Azərbaycandan ötürü. Amma heyf olsun dövlətlərimiz. Dünən söhbət elədik. Ümmətçilik, millətçilik nə deməkdir? Bugün ümmətçilik, millətçiliyimizə hakimdir. Bu qədər. Nəysə, keçək. Çox dərd ağır dərddir. Geçmiş olsun. Mən o ailəni tanıram. Siz işarə elədiniz, mən də bildim şimdi. Amma geçmiş olsun. Tabii. Vətəndaş qavramı indi bu bir kolli sualdır da. Kimlər içine alır indi? Elə indi burada bəhs elədik. Əlbəttə bu misallar da göstərir, amma bir desək kimləri içine alır? Kimləri içine almır? Kimləri içine alır? Dövlətin qanunlarına əsasən, dövlətin daha doğrusu belə deyək, məmurlarının, o immigration məmurlarının salçıq və kridələrini, daha doğrusu eşillərinin, belə deyək, içində yerləşən o dövlətlər onları vətəndaşlıq alır. Yox, o eşillərdən uzaq olursa almır. Amma bayaq bir şey dediniz, ona mən dediniz ki, Rus demək ki, filan yerdə varsa biz ora hücum eləyək, ora həmlə eləyək, filan eləyək. Bilirsiniz, hal-hazırda dünyada 3 vardır, 3 tip deyək. 2 dövlət və bir toplum. 2 dövlət və bir toplum vardır. Ki bunlar deyirlər ki, dünyada əgər birisi məndən orada varsa, elə ora mənimkidir. Biri Ruslu, dünyanın hər yerində Rus varsa, ora Rus sayılır. Biri Rus. Dünyanın harasında Kürt varsa, ora Kürdistan sayılır. Dünyanın harasında Erməni varsa, ora Ermənistan sayılır. Belə bir, inanınız ki, bu baxış da, yəni bu dövlətlərin demək zirvəsinə qalxan bir baxışdır. Yəni əlbəttə mən bu bəhsi eləmişik ki, indi bundan sonra gəlir. Bundan sonra bu vətəndaşlıqdan sonra 4-5 sualımız qaldı. Gelirik haqq məsələsinə. Haqq məsələsində də bunu yenə bəhs eləyəcək ehtimalən. Yəni əgər indi əvvələn güc, məncə güc haqqı yaradır. Məsələn, Rusiya
o gücü olduğu üçün deyir, bu mənim haqqımdır. Amerikanın da gücü olduğu üçün deyir, mənim haqqımdır. Gedə məsələn, mən Əfqanistanı vuram dağıdam, Suriyəni vuram dağıdam, Libini vuram dağıdam, nə bilim, hər yerə, Əraqı vuram dağıdam. Bu heç kəsə bir şey deyə bilmir. Yəni, nə deyək, Amerikaya indi zorumuz atmır, nə deyək məsələn. Yəni, zor özü haqq yaradır, məncə. Yəni, Təbii ki. əsli dünya, bəşər toplumu belədir. Bəşər toplumunda zorun olsa, işin gedəcək qabağa, heç kəs də sənə bir etiraz eləyə bilməyəcəkdir. Ona hüquqi məvazində yazarsın. Cinayət elə adına. İndi ordu, bu günlər eşitdim. Mən deyirdim ki, Rusiyanın orada az şeyi var, əsgəri var Ukraynada. Bu günlər bu adam deyir, 700 min Rus əsgəri Ukraynada savaşır. Bilirsiniz yəni nə mənə? Wow! Az qala ki, Türkiyənin ordusu qədər ordu gedib də orada savaşır. Fəqət savaşdadır. Bunun arkası da var axı. Yəni, heç olmasa 1 milyon yarım əskər o savaşa şey olublar. Yəni, buna hüquqi zəmində yaradırlar, teori zəmində yaradırlar, hər şeyi yaradırlar. Hər halda vətəndaş hangi haqları var? Vətəndaşın hangi haqları var? Bayaq ki, siz işarə edirdiniz, mən girdim ortaya, ayaqlayalım oraya. Yok, dediğim gibi ülkede hukuki, hakiki şahs olsun fark etmez. Hakiki ki tabii ki vatandaşlar sayılır. Vatandaşların toplumu sayılır. Ya bir toplum, vatandaş ya biz Cenab bu birisinden danışaq. Deyək ki, şəxslər hər hansı bir ölkədə qanun və haqlar varsa, onlara demək ki, hakkı var diye yetişsin. O hak ki buna verilipti. Yani o vatandaşlık hakkı ki buna verilipti. Aynı zamanda o toplumun içinde demek ki iş hakkıdır, ondan aş hakkıdır, ondan sonra yaşam hakkıdır, büyüme hakkıdır, maişet hakkıdır, kəsb hakkıdır, siyaset hakkıdır. Her şey demek ki o toplumda eğer varsa buna hak veriliptir. Tamam. Sizin indi bu cavabınızda mənə bir sual çıxdı. O da bu ki, acaba şirkətlər vətəndaş hesab olurlarmı? Vətəndaş haqqından? Yok. Yok, olmaz. Olmaz, yok. Necə olmur? Necə olmur məsələn? Vətəndaş Bəzi şirkətlər var. Bəzi şirkətlər var. Hakiki sahipleri vatandaş oluyor. Hakiki sahipleri vatandaş olandan sonra zaten onun şirketi bütün o ülkenin mezayasından istifade edilir. Məsələn, şirkətli beynəlmiləl olubdur. Bu məsələn Amerika şirkətidir, Kanada şirkətidir, beynəlmiləldir. Hətta İran şirkətidir. Bir dənə gəmidir. Gəmisi var. Gəmini götürür, bayrağını da vurur üstünə, gedir sulara, beynəlmiləl sulara. Hangi məmləkətə keçsə, onu tutalar, onu vuralar filan, o məmləkətin vətəndaşlıq haqqından biri budur ki, ordu o adamları himayət edir. Yəni, məsələn, əgər mən Güney Azərbaycanı qəbul edirəm, ya Türkiyə məni vətəndaş qəbul eləsə, məni Kanadada, gəlmişdim Kanadada şirkətim var. Kanada dövləti burada məni baskıya qoysa, o Türkiyə dövləti ordusu ilə və gücü ilə məndən müdafiə eləməli. Çünki mən şirkətim oranın vətəndaşıdır. O konsulluk hakkıdır. O konsulus hakkıdır. O hukuki konsulu deyirlər ona. Ona vətəndaşlıq hakkı deyilmir. Yani eğer senin demek ki mesela deyirəm, indi bir Kanada vətəndaşsan. Gəldin Türkiye'de bir müəssisə yarattın. O müəssisə Türkiye tarafından təzyiqə malik. Təzyiqə şey oldu. Demek ki uğradı. İndi senin ölkəvin hakkı vardı ki seni Türkiye'de tamamıyla müdafiə etsin. Bütün en aşağıdan üste kadar təhsin səni məhkəməyə, Türkiye'nin demək ki təzyiq etdiyi o dairələri təhsin yuxarıya və bunları versin beynəlmiləl yargıya versin. Yani bu sənin konsulus hakkındır. Sənin ölkəndə, sənin ölkəndə. Vətəndaş haqqı bilmirsiniz, bunu konsulus haqqı bilirsiniz. Tamam. Çünkü vatandaş zaten senin dediğin kimin pasportunu daşıdığın ülkeye ait.
insana Haqqıdır. aid olur, şirkətə aid olmur. Siz buyurduğunuz budur ki, şirkətlər vətəndaş olanlar. Amma indi məsələn biz görürük ki, bəzi dövlətlər Hı e, -hı. indi absurd deyirlər ingiliscə, yəni bu uzaq dövlət, ya hər halda da dövlətlər ki, deyir Hı ki, -hı. gəlin burada 200 min dolar, 300 min dolar, 500 min dolar pul gətirirsən, burada bir şirkət səbt edirsən, sən mənim vətəndaşım olursan və Hı -hı. bu şirkətin hər yerə gedir-getsin mənim bayrağımı daşır, o şirkət özü və mən ondan difa edirəm. Baxın, belə deyək də, dünya demək ki, hüquq şeyində, alanında 3 şey vardı, hüquq vardı. 3 növ hüquq vardı. Hı -hı. Bir hüquq vardı, siyasi hüquq. Siyasi hüquq var, vətəndaşlıq hüququ sayılır. Siyasi hüquq. Bəli. Bir var konsolosluq hüququ. Ki, idari əsasların üzərində işdir, dediyim kimi fəaliyyətlərdir, nələrdir, bunları əhatə edir və bir də vardı diplomatik hüquq. Bu diplomatik hüquq iki ölkənin, dövlətinin bir-biri ilə olan davasını, bir-biri ilə olan barışını, bir-biri ilə olan demək ki, təsdiq dairələrini içinə alır. Bu üç hüquq kulli anlamda onun əşası gəliri geniş olarak açılır. Zaman olsa bu meseleyle bağlı danışarım. Tamam. Ben Yok. Elə bu qədər yetər. Vətəndaş. değilim. Çox sağ Ben olun. Çox sağ olun. Vətəndaş və vətəndaşlıq haqları bireysel ya fərdi haqlar mıdır, yoxsa vətəndaşlıq bir toplumsal və milli haqdır? bireysel. Bireysel. Birey. Herkesin öz vətəndaşlığı var. Çünkü herkesin bir nümerası var. Güzel. Əgər bir gün bizlə qonşu millətlərdən və toplumlardan biriyle savaş çıxdı, onda o toplumdan olan vətəndaşlarımızın vətəndaşlığına necə baxarsınız? Məsələn, misal vursam, bizim müstəqil Güney Azərbaycan Türk Cumhuriyyətində Türk də var, Erməni də var, Fars da var, Ciləç də var, Tabii. Ərəb də var. İndi bizim bu qonşu dövlətlərin biriyle savaşa girdik. Hər nədən dolayı bir savaş çıxdı ortada. Bu Kürtlər, bu Ərəblər, bu Farslar, bu Mazənilərlə ki, savaşa girmişik, o vətəndaşlar ki, bunlardandır. Onları nə edəcəksiniz? Bir şey, biz hüquq dövləti yox və hüquq dövləti olduğumuzda da dediyim kimi 8 əsas prinsiplərdən birisi xalqçılığımızdır. Xalqçı dövlət olduğumuza görə onlar bizim tam vətəndaşımızdırlar. Onlar bizim içimizdə özgə deyirlər. Onlar vətəndaşımızdılar. Bax, vətəndaşımızdılar deyirəm, soydaş demirəm, vətəndaşımızdılar. Və mənim, sənin nəyə ki haqqın var, onların da haqqı vardır. Sən əgər demək ki, dövlətin tərəfindən, ordunun tərəfindən gedəcəksən, bir dənə sənin təcavüz edən, məsələn, Kürt dövləti ilə savaşacaqsan, o Kürt insanı da gedib savaşmalıdır orada. Yoxsa, savaşdan qaçarsa, savaş şey olar, nə mənədir? Savaş suçuna müttəhim olar. Savaş suçuna müttəhim olar və orada məhkəməyə verirlər. İstərsə bu Türk olsun, istərsə Kürt olsun, istərsə kim olursa olsun, əgər birisi demək ki, savaş əsnasında bir dövlətin ordusunun mənsubu olaraq cibhədən qaçarsa, o neylər? Məhkəmə olurlar. Ordu məhkəməsinə sorğu verirlər. İndi burada bir dənə sual gəlir, o da budur. Heç kəsdən soruşmamışam bu sualı. Buradan heç kəsdən soruşmamışam, siz gətirdiniz sorunu ortaya. Sizdə də şey var ha, yəni o sual yaradırsınız. Mən neyim o? Teşekkür ederim. Sizin dövlət quracaqsınız inşallah Güney Azərbaycanda. Bu dövlətdə əskərlik icbaridir hamıya, yoxsa bir istəsə gedər iş kimi istihdam olar, hərfi profesional əskər olar. Bəli. Biz o qədər demək ki, birinci budur ki, inşallah deyil, Güney Azərbaycan Türk Cumhuriyyəti qurulacaq.
qurulacaq. Hətmən. Böyle. Hətmən. İkinci budur ki, elbette bizim arzu ettiğimiz o cumhuriyyete yetişməyimiz üçün çoxlu məvani, çoxlu maneələr, çoxlu əngəllər var. O əngəlləri başımızdan aşmaq üçün çox güclü orduya ehtiyacımız var. Bu günləri Azərbaycan Cumhuriyyətimiz Qafqazlarda, bölgədə, məntəqədə ən gözəl, ən güclü, ən modern orduya sahibdir. Biz niyə öyünürük? Niyə öyünürük dövlətimizə? Nədən? Çünki o modern demək ki, ordusu ilə və güncəlləşmiş diplomasisi ilə demək ki, 30 illik bir işğala son verdi. 500 illik bir məğlubiyyətin ardından bizə bir zəfər qazandırdı. Bax, ordu bu. Ordu bizə ehtiyac olduğuna görə ordunun hər hansı mənsubu, iki əskəriyyəsi vardı ordunun. Bir ixtiyari əskəriyyə vardı, bir icbari əskəriyyə vardı. İcbari əskəriyyə hər kəsə aid, hər kəsə zorunlu şəkildə Qadınlı, erkəkli. Qadınlı və erkəkli. Qadınlı, erkəkli. Hər kəsin özünün münasibətinə aid. Çünki bizdə eşitlik var. Bizdə qadın kişi demək ki, ayrıntısı yoxdur. Biz laik bir dövlət olacağıq. O laik dövlətdə qadın kişi ayrıt etmədən hər kəs demək ki, orduya xidmət etməlidir. Bu orduya xidmət etmənin zamanı, şəraiti, mövqeyyəti dövlətimizin, daha doğrusu qanunlarında, ordu qanunlarında bəlli olacaqdır. Amma bir var ixtiyari. O təbii ki, bu ixtiyari dediyin o qədər imkanat verməlisən, o qədər millətçiliyi, o qədər vətənçiliyi güclü saxlamalısan ki, demək ki, hər kəs o vətən üçün qanunu verməyə hazır olsun. Qanunu verən insan zaten istər-istəməz iki əsas məsələni tutar. Demək ki, daxili ordu, polis və müdafiə ordusu. Yəni ordu, təbii ki, bunun yanında demək ki, sənin mitin var, bunun yanında sənin özel timlərin var, bunlar başqa bir şeydir. Yəni, bunu demək istəyirəm ki, təbii ki, icbaridir. Teşekkür ederim. İndi geçirik haqq məsələsinə. Haqqı biraz danışaq. Bu da uzun bəhsdir. 20 sualımız olacaqdır. Haqq qavramından sizin partinin düşüncəsi nədir? Haqq bir vətəndaşın əldə edə biləcəyi ən maksimum həyat tərzini gəlişdirməsidir. Bu bir tərif. Haqq demək ki, haqq o şeydir ki, qanun onun qabağında, qarşısında haqlı insanın müdafiəsini öhdəsinə götürdü. Mən daha tərif formasında deyirəm ki, əlbəttə düşündüyüm tərif deyirəm. Təbii ki. Düşündüyüm tərif. Bəli. Haqqın kökü nədir, mənşəyi nədir? Yəni, nələr haqqı yaradır? İnsan. İnsan demək ki, haqq insanın, bireyin ən ilkin var oluşu və var oluşuna aid olan onun demək ki, həyat gərəkləridir. Həyat gərəkləri, yaşam gərəkləridir. Haqq buradan onu deyəndə, məsələn, heyvanların da haqqı var, məsələn, yaşasınlar və biz də görürük, məsələn, it olsun, keçi olsun, qoyun olsun, düzə olsun, hər nə olur olsun, biz onları yaşam haqqı tanırıq, amma özümüzün istəklərimizin çərçivəsində. O zaman ki, istirik, o zaman da öldürürük, yeyirik. Yəni, belə bir haqq var. Yaxud indi burada haqqı necə olur, haqqın mənşəyi nədir? Bizim istəyimizdir, yoxsa güdümüzdür, yoxsa doğuşumuzdur? Yox. Yaşam haqqı
kimsənin demək olar ki, istəyi ilə və kimsənin verəcəyi bir məsələ deyil. Yaşam haqqı kurallara dayanaraq, bax, kurallara dayanaraq, bayaq dedik, qanun məsələsi bundan ibarət. Kurallara dayanaraq, mən belə buradan qeyd edeyim, bax, yaşam haqqını açıqcasına oxuyayım. Kurallara dayanaraq, insan varlığının güvəncə altına alınması hüquq dövlətinin başlıca görəvidir. Azərbaycan Türk dövlətinin hüquq sistemində adil yaşam haqqı toxunulmaz olmalıdır. Ayrıca məhkəmə qərarı olmadan insanların qanunlarda tanınmış özgürlük haqqlarını əlindən almaq olmaz və ya qısıtlandırmaq olmaz. Axı indi baxın, o zaman ki deyirik ki, qanunlara dayanaraq bir haqqdır. Qanun bir zaman qanun dəyişir. Yəni daimən dəyişim halındadır. Hətta hakimlər belə qanunu dəyişdirirlər. Məsələn, bir zaman görürsünüz ki, narkotik, məvaddı müxəddir işində olanları edam elədilər İranda. Bir zaman dedilər, məruzdə edam eləmədilər. Avropada bir zaman qadınlar yazıb oxumaq başarsaydılar, hesab başarsaydılar, odda yandırırdılar. Deyirdilər ki, bunlar cadugərdilər, bunlar sehrçidirlər. Bir zaman qadınlara yəni bu qanunların əlinə tapşırsa haqqı, İslam bunu deyəm. Yəni qanunlar bir zaman deyəcəklər ki, bu sənin haqqındır, bir zaman deyəcəklər haqqın deyil. Onda məsələn görürsünüz, bir diktator hakimiyyət gələndə biri də haqları alır. Qanundur da, qanun əsasında bir dənə diktator hökumət haqları alır. Bir dənə də demokrat hakimiyyət gəlsə şey edir. Məsələn, indi qabaqçı bəhsə qeysək, Japonda 2-ci Dünya Savaşında, üzrüsəm, Kanadada 2-ci Dünya Savaşında neçə burada Japon, hər nə qədər ki Japonlu var idi, indi bilmirəm neçə min dana, 30 min dana, neçə min dana, hamısını yığdılar apardı uzaq bir yerdə, divar tikdilər, divarın arasında saxladılar savaş qutarınca. Yaxşı. İndi yasalar, qanunlar bir zamanda savaşı dəlil göstərərək insanların azadlıqlarının, haqlarını əllərindən aldılar. Biz baxın, məsələ budur ki, biz ümumiyyətlə qanunu gətirib haqqın sahibi kimin anlatmırıq ki, qanunlar dediğiniz kimin dəyişir. Amma haqq kimin qalır? Haqq kimin qalır? Məsələn, özgür insan haqqı nə deməkdir? Özgür insan haqqı onun demək ki, düşüncə, təfəkkür, fikir, yazı, ondan sonra... Yox, burasında müşkilim yoxdur. Siz orada deyirsiniz ki, qanunlar, mən dedim ki, haqqın kökü nədir? Nələr haqqı yaradır? Cənabınız deyir ki, qanunlara əsasən... Yox, qanunlara dayanaraq, qanunlara dayanaraq. Amma sizin verdiğiniz qanunlar ki, indi bizə verdiğiniz qanunlardırlar, o qanunlardırlar ki, qanunu nəfi ediblər. Qanunu nəfi ediblər. Məsələn, təsəvvür eləyin, deyirsiniz ki, bir dənə gətdilər, insanları saldılar bir dənə dörd duvarın arasına və bunun bütün haqlarını, hüquqlarını səlb etdilər. Onun da adını qoydular qanun. Düzdür. Bu qanun deyil, bu dövlətin zorakılığıdır, qanunun əleyhinə isyanıdır. Əslən, İrana gəlsək, baxın, İranda məsələn qanundur da, baxın, istəyirəm burada deyəm ki, bu tərifin bir iradı var. Bu tərif ki, cənabınız mənə verirsiniz, bunun bir iradı var. Qanuna dayananda, İranda qanun yazıblar, vilayət-i mütləqi fəqih, əsli 110. Tamam güclər veriblər ona. Rəis Cumhurun burada ərzişi yoxdur, Qüvvə-i Qəzaiyənin, məclisin ərzişi yoxdur ki. Amma bir qanun əsasında biz o qanunu qəbul eləmişik. Yox ki. Yox, amma sabahları siz də hakimiyyətə gələndən sonra tüm qanun insanların haqqının köküdür. Eləyə bilərsiniz, bunu çox rahatca dəyişdirəsiniz. Əlbəttə, onda disput oldu. Onda disput oldu. Bəli, qanun var. Disputluk, qanunsuzluq nə üçün? Doğrudur. Təbii ki. Dediğiniz tamamilə doğrudur. Tamamilə doğru. Yəni, qudret hər kimin əlindədirsə, o qanunları özünün tabiyyətini alır. Doğru. Yəni, bu doğru, tamam. Amma biz hüquq dövlətindən danışırıq. Hüquq dövlətindən danışanda məsələ fərq edir. Əgər bir dövlət özünü hüquq dövləti hesablayırsa, hüquq dövləti sanırsa, sayırsa, demək ki... Amma biz teoride var dövlətdən danışmış, teoride deyirik ki, teoride gərək elə tərif edək məfhumları, qavramları ki, əgər bir dövlət
Çıxsa da, çıxmasa da deyək ki, bu haqqın kökü budur. Haqqı bağlayanda qanuna, qanun değişəndə haqq değişir. Amma Onda haqqı bizim tərif edək ki, qanuna bağlamayaq, onda əlbəttə mən də o cür bilirəm, amma mən də deyirəm ki, haqq qanundan ibarətdir. Mən özüm deyirəm ki, haqqın kökü gücdür. Gücün olsa haqqın var, amma eyni halda haqqı da qanun bilirəm. Yəni belə bir özüm istəyirəm deyəm, amma belə bir şeydə çalışmamazlığa sizin nigarançılığınızı tamamen başa düşürəm. Və siz daha doğrusu biz mən icazə verin buranı bir daha işıqlandırım, olur mu? Yaxşıdır. Sizin təsviriniz gözəl göstərir. Yaxşı. Gözəl göstərir. Demək ki, məsələ biz çünki tam bir diktatürzədə bir ölkədən gəlmişik və qanunlara heç etiqadımız yoxdur. Çünki qanun hər an demək ki, məlzəmə olur bunların əlində. Ona görə də qanunu tərifləyəndə də onun çalışırıq ki, tam mənfi tərəflərini tərif edək. Halbuki biz özümüzü hüquq dövlət adlandıranda öz çarçıvamızda məsələyə tərif veririk. Öz çarçıvamızda bir var ki, kulli doğrudur deyirsiniz. Amma bir də var ki, dövlətin hüquqa qanuni şəkildə demək ki, dayağı olmazsa toplumda bir makyavelism əmələ gələr. Bir makyavelismin əmələ gəlməsi, indi bunu sol tərəfdən deyək, sağ tərəfdən deyək, bir anarxiya əsası gələr. Anarxiya və makyavelismin əsas dərdləri nədir? İkisinin də bir ortaq dərdi vardır. Ortaq dərdi var ikisinin də. Ortaq dərdi var. Bu ortaq dərdini daha doğrusu anladanda Machiavelli deyir ki, demək ki, bütün qanunlar hamısı Şəhriyarın əlindədir. Şəhriyarın ağzından, dodağından çıxan, iki dodağının arasından çıxan qanun deməkdir. O qanunu ya tabi olacaqsan o qanuna və o qanunun demək ki, quluna çevriləcəksən və ya o qanuna tabi olmayandan sonra bütün qanunların əleyhinə isyan edəcəksən. Bütün qanunların əleyhinə isyan edəcəksən. O sənin haqqındır. Bax, deyir, o sənin haqqındır. Hətta haqqı məşru ki, biz danışırıq, deyirik ki, məşru haqqımız, o ondan gəlibdir. İndi zamanı gələndə, vaxtı gələndə ona da işarə edər ki, mən zaman Machiavelli'nin demək ki, düşüncələrini öyrənəndə özüm onun tərəfdarı olmuşam və indi də bəzi məqamlarda onun tərəfindəyəm. Çünki bizim toplumumuz dedik biz devrimçi, qurtuluşçu və isyançı bir tərzidə hakimiyyətimizi, dövlətimizi əldə edəcəyik deyə. Bax, bizim bundan başqa yolumuz yoxdur. İndi gələndə onu deyəcəyik. Biz şeylə devam edək. Tamam. Əgər burada haqq qavramını kim tərif edir? Haqq qavramını kim tərif edir? Haqq qavramı bəşəriyyətin, və ya hər hansı canlıların, deyək, çünki yeni modern tərzidə desək, bəyəklər siz buna işarə etdiniz, mən saxlamışdım sonraya. Məsələn, canlıların. Demək ki, bunların yaşam haqqları, bunların təbiətindən gəlmiş, təbiətindən ortada olmuşdur. Ona görə də haqqı kimsə bunlara darata bilməz, haqqı kimsə bunlara daratırsa, bunların o ana haqları ya doğal haqları ki var, bunun əlindən alır. Haqqı zatıdan əmələ gəlir. Kim tərif edir? Yəni o zatidən gəldi, tamam, varlıqdan gəldi. Amma kim tərif edir bu haqqı? Bizə deyir ki, sən haqlısan, sən haqsızsan. Məsələn, İran-Ərəb savaşında ya Ukrayna savaşına baxsaq, hangi tərəf haqdır, hangi tərəf nahaqdır? Bunu nə cür tərif edir dünya? Məsələn, Ruslar deyirlər biz haqqıq, Ukraynalılar deyirlər biz haqqıq, ortada Amerikalılar bir ayrı cür baxa bilər, İranlılar bir ayrı cür baxa bilər. Yəni, hərə bir ayrı cür baxa bilər, tərif eləyə bilər. Haqqı kim tərif edir əslində? Bayaq dediyimə bir daha eləyim, bir tişər vurum. Demək ki,
hak dediğimiz hukuk hakların cəmi sayılır. Hukuk hakların cəmi sayılır. Eğer hesaplasaq o tərzinə məsələyə baxsaq, dedik ki, siyasi haklar. Siyasi haklar. Siyasi haklar da toplumun içinde tarif olunur. Bir toplumun, bir cəmiyyətin içinde tarif olunan siyasi haklardır. Yani elə deyək, İran'da tarif olunan haklar, Irak'ta tarif olunan haklar Irak'ta tarif olunan Irak'ta geçerli değil. Irak'ta tarif olunan haklar İran'da geçerli değil. Demek ki toplumun içinde haklar siyasi təyin olunurlar ve o toplumun içine aittir. Burada kimler? Bəs onda nisbi bir qavramdır, mütləq qavram deyil. Bəli, ama əlbəttə ki, əslən qavram dediği kimi, bunun yox, bu ümumiyyətlə zati haklar ki vardılar. Bunlar daha doğrusu çox, necə deyim, mütləqə yaxın haklardılar. Amma siyasi haklar nisbi haklardılar ki, toplumun içinde tarif olunur. İran'da tarif olunan toplum hakları dediğim kimi Irak'ta geçerli değil, Irak'taki İran'da geçerli değil. Buna diyorlar siyasi haklar. Tamam. Buyurun. Bilirik ki, haqda və haqlı olmada bireylər və toplumlar arasında dərin ixtilaflar var. İndi Ərəblə İranı misal vurdunuz elə cənabınız. Bu üzdən haqlı olmaq yəni nəyə bağlıdır? Güce bağlı, zora bağlı ve kudrete bağlı. Eyni zamanda belki yine dediğim meseleydi. Demek ki diplomatik haklar. Diplomatik hakları qayıdır. Yani iki ölkənin arasında olan həkəmlik dairələri hamısı diplomatik şeye bağlıdır. Haklara bağlıdır. Burada artık siyasi hakkı sayılmır. Çünkü siyasi hak bir toplumun içine aittir. Bir toplumun içine. Ama diplomatik hakkı uluslararası hak sayılır. O bakımdan her birisinin sənədləri, belgeleri, her birisinin demək ki, kural şeyləri, ortaya koydukları nedenler önemli sayılırsa, kabul sayılırsa, beynəlmillər ona səs verir, hak verir. Gördünüz də İranın, Irak'ın 8 illik savaşında demək ki, pusana, əlləliyə heç kim səs gətirmədi, heç kim səs vermədi və belə də qurtardı getdi. Çünki nə bu ona demək ki, ziyan hakkı verdi, nə o buna ziyan hakkı verdi. Heç biri bir-birinə beynəlmiləli əsaslarda vermədi. Xəsarət vermədi. Bu son tarifizə baxaraq, yenə də haqqın dayanağı, haqqın kökü nə olur? İndi bu son tariflərinizə baxaraq, buradan gəldiyiniz tariflərinizə, sözlərinizə baxaraq, haqqın dayanacağı nədir? Haqqın dayanacağı nədir? Demək ki, ölkələr içində haqqın dayanacağı bir tərəfdən siyasi iktidara, diğer taraftan sivil toplum kuruluşlara dayalı. Her zaman iktidarla siyasi toplum kuruluşlarının arasında bir hak davası vardır. Bu hak davası sindikalar, ondan kolektif demek ki toplumlar, ondan sonra daha doğrusu partiyalar, muhalif partiyalar, sonra iktidara gelirse siyasete eline alır. Ondan sonra daha doğrusu Türkçesinin demek ki encümenler, ne bileyim dernekler, yani sivil toplum kuruluşlar ki var, ne varsa demek ki bunlar siyasi hakkın qabağında, siyasi dayanacağın qabağında özlerinin haklarını müdafiə edirlər ve dayanakları budur. Ama beynəlmiləli şəraitdə, beynəlmiləli haqlarda əsasən tutanda diplomasiya haklardır. Dediğim beyakları devletler birbiriyle olan dayanaklardılar. Bir de vardı, yine bundan beyakları danıştığımız dediğimiz konsulluk hakları. Bu konsulluk hakları da ferdilerin üzerinde
daha doğrusu açılan davalardır uluslararası münasibətlərdə. Mən bu Şimdi qədər. dedikçe Ukrayna savaşı var. Burada da bir hak var. Sülh hakkı var. Ama sülh hakkı bozulup ve savaş E, var. yəni Burada hak nedir olur? Burada kök nədir haqqa? İndi qanuna da heç kəs o beynəlmiləl qanuna da ki, sülh olmalıdır. Onu da müraciət eləmirlər. Burada haqqı nədir? Kökü nədir olmalıdır? ki bir ölkə təcavüzə məruz qalıb. Bir ölkə başqa bir ölkənin demək ki O ölkə güc özün haqlı bilir ki, həmlə eləsin. yox. O bilir Heç ki, təcavüzə məruz qalıb, deyir mən qurbaniyəm. Amma o özün haqlı bilir. Yəni haqlı bilməsə həmlə eləməz. Onun kökü nədir? İstəyirəm deyəm ki, o haqqın kökü nədir? əlbəttə bu hər şəxsin, hər insanın nisbi təfəkkürünə bağlıdır. Siz məsələn eləyə bilərsiniz, deyəsiniz ki, məsələn deyirəm əlbəttə, Ukrayna burada haqlıdır. Mən deyərəm ki, yox, Rusiya buna görə ki, demək ki, o ölkənin içində, yəni Ukrayna ölkəsinin içində Rus vətəndaşları vardı. Halen bunların vətəndaşlığı Ukrayna tərəfindən ləğv olunmayıbdı, ola bilməyibdi. Hər hansı şərtlər əsasında. Demək ki, Kreml gəlir bu günləri təsmin tutur ki, demək ki, indi bu şəhər ki, Ukraynanın sərhəddindədir. Artıq bunlarda mənim vətəndaşlarım yaşayır. Mən onların nədir? Özəkliklərini, hətta istiqlaliyyətlərini təmin edəcəyəm. Hətta istiqlaliyyətə. Demək ki, mən haqlıyam burada. O özünə nə edir? Haqq çıxardır özünü. Həmin bu Machiavelli'nin dediyi əsaslara dayanır. Deyir, o cəng adilane cəngidir ki, bax, o cəng adilane cəngidir ki, demək ki, bir dövlətin haqlarını ortaya qoymuş olsun. O da zaten nədir? Bunu düşünür. Bunu düşününcə, demək ki, özünə haqq qazandırır. Siz indi ham elə gəlir deyin ki, axı, Eldar, elə deyil axı. Axı, burada Ukrayna bir dənə dövlət, tanınmış dövlət, dünya səviyyəsində, BMT-də, demək ki, 197 ölkə bunu qəbul edibdi. Rusiya özü bunu qəbul edibdi. İlk qəbul edən özü Rusiya olubdu bunu. Düzdür. Bir sevərən dövlət, bir müstəqil dövlət, özünün parlamenti, özünün bayrağı, özünün nəyi. Axı, bunun demək olar ki, içində 10 dənə də vətəndaş ola bilər, 15 dənə də vətəndaş ola bilər. Bu günləri dünyada siz bir dənə siz, hətta İsraildə sabahları təşkil tapacaq belə Kürdistanda, hətta eləyə bilməzsiniz bir dənə dövlət nəzərə alarsınız ki, o dövlətdə tək bir etnik olacaq. Dünyada heç tək etnikli bir dövlət yoxdur. Olmayacaq da bundan sonra da. Yəni, nə deməkdir bu? O demək ki, demək, burada Rusiyanın bu tərzi, bu düşüncə tərzi rədd olunur. Ukraynada gəlir deyir ki, tamam olsun. Biz ikimiz də İslamyanıq. İkimiz də demək ki, tarix bağında bir-birinə yaxın ləhcələr fərqli edərək bir Ukrayna dili var, bir də Rusiya dili vardır. Bir-birinə yaxın, birbirimizdə anlayırıq biz. Tamam. Biz demək ki, içimizdə Rus dilliləri yaşaya bilər, Azərbaycanlılar da yaşaya bilər, Ermənilər də yaşaya bilər. Demək ki, hər kəs gəlsin mənə iddia etsin ki, burada çünki adam yaşayır, mənim adamım yaşayır. Sən haqsızsın, sən haqlısan. Mən haqsızam, ya mən müdafiə etməyəcəm özüm. Elə həmin qanun əsasında da Ukrayna özündən müdafiə edir. Demək ki, həmin Machiavellinin cinə düşüncəsi əsasında. Misal vursam, baxın, məsələn, Sazimani Miləldə bir dənə Şurayı Əmniyyət var. 5 dənə məmləkətin burada 14 dənə neçə dənə bunun daimən üzvü olur, amma bunun 5-inin veto haqqı var. Yəni, hamı desin ki, bu haqdır. Biri vəziyyətdən desin, o 5 dənədən biri desin, yox,
nahaqdır. Nahaq olur qalır. Yəni o da haqq olmur. Yəni belə bir vəziyyət. İslam gəncə qanunlarda belə bir vəziyyət var. Yəni 14 məmləkətdəsində yaxşı 15 dənə üzvü var Şuraya Əmniyyəti. Mən indi bilmirəm neçə dənədir. Bunların 5-inin veto haqqı var. 5-dən biri desə ki, bu 14 dənə deyir haqda, amma mən deyirəm nahaqdır, qutuldu getdi. O da vəsətdə heç də olmadı. Düzdür. Bilirsiniz, Onun üçün mən bunu soruşuram ki, beynəlmiləl səviyyədə dövlətlər arasında haqqı nədir? Mən yenə də geçirəm gücdür. Yəni güc haqqı yaradır. Toplumda da o cürdür. Bireylərin də arasında o cür görürəm. Əslində güc haqqı yaratmır. Güc haqqı öldürür. Güc haqqı öldürür. Məsələn, bu günləri təsəvvür edirsiniz. Elə çox niyə uzağa gedir? Nədən uzağa gedir? İsrail gətiribdir Qəzzədə, demək ki, bir özlüyündə bir məşru özərk bir sistem deyibdir, qoyubdur. İndi də gəldiyi o özərk sistem mənə qarşı namərd çıxdı, mənə qarşı isyankar çıxdı. Demək ki, bu günə qədər 37 min sivil toplum insan ölübdür orada. Bu haqq mı? Yox. Haqqı öldürmək. Elə mən istəyirəm onu deyəm. Bax, onu məsələn, elə onun üçün misal verdiniz. İndi deyirlər ki, illərdir ki, Qəzzədə savaş çıxıbdır. Budur ki, onun altında neft və qaz var. Onlar gərək ələ çıxır. Bu insanları öldürürlər ki, o çıxsın. Yəni, adamın zoru var, o dövlətin zoru var. Deyir, mən bunları ya çıxsınlar, ya öldürəcəm. Mən bu qaza ehtiyacım var. Mən bu qaza ehtiyacım var. İranda da o cürdür. İranda deyir ki, mənim dilim rəsmi olacaqdır. Bu dillər aradan getməlidir. Baxın, zoru var. 100 il deyilir. Yəni, mən indi bunun sualı ayrı cür soruşum. Haqqı, o haqq qavramı ki var ha, zehnimizdə. Qanun dedik, nə bilim, zati dedik, beynəlmiləl qanunlar dedik, konsulluq qanunlar dedik. Bunların hər hansını tutursuz tutun, bu haqları nələr pozar? Yəni, zorakılıqları nələr pozar, yoxsa haqları nələr pozar? Haqları nələr pozar? Sualınızı bir də verirsiniz daha. Zəhmət olun. Dedik ki, bunlar ki danışdıq haqlarda, haqq nədir? Neçə səviyyədə indi söhbət oldu. Bu haqları nə pozar? Nələr pozar? Nələr araya gəlsə, haqq pozular. Təbii ki, ilk öncə demək ki, sümürgəçi həvəslər, ondan sonra siyasi demək ki, siyasi hədəflər çox-çox. Məsələn, elə bu siyasi hədəflərdə bir baləcənə məqs eləyək. Demək ki, Nazi Alman 1941-ci ildə dünyaya bir bəyaniyyə verdi. O bəyaniyyə əsasında, daha doğrusu, dünyadan tələblərini ortaya qoydu. Tələblərini ortaya qoyunca, dünya təbii ki, bunun qabağında qarşısında dayandı. Ancaq bunun üçün ən ilkin iş var idi ki, oradan dünyaya çıxacaqdı. Daha doğrusu, Polşanın işğalı idi. Polşanı anında bərq sürəti ilə işğal etdi. Hollanda olur da, gəl istibah eləməsən, Polşa olur Hollanda. Ləhəstan. İşğal etdi. Bu tamamen bir stratejik ve soğutucu bir işgal idi. Çünkü əgər oranı tezliklə işgal etməsəydi, ora demək olar ki, ondan öncə Fransa və İngiltərə girib və Almaniyanın qabağını tamamen orada alacaqdı, işgal edir. Amma dünyaya demək savaş elan etmədən öncə bir işğala əl verdi. O da Polşanı işgal etdi. Beləliklə İngiltərənin və Fransanın əli çatmaz bir nöqtəni, əlləri çatmaz bir nöqtəni, daha doğrusu, belə deyək, əlləri çatar bir nöqtəni bunların əlindən aldı və özünün yolunu açdı
məcal, roman filan 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 rahatcasına gəldi keçdi. Buna nə deyib? Buna demək ki, siyasi və stratejik bir haqqı pozma demək olur. Haqqı hansı əsaslar pozur? Dediyim kimi, savaş əsasları pozur, stratejik əsaslar pozur, ekonomi, sümüqətçiliyi pozur. Ondan sonra daha doğrusu daha genişlənmə, daha güclənmə, daha qüdrətlənmə, imperiyaçılıq əsasları pozur. Haqqı ümmətçilik əsasları pozur. Haqqı imperiyaçılıq əsasları pozur. Bunlar çox yüksək dərəcədə üstün pozucu demək ki, haqq qarşıtlar. Ondan aşağıda da bir çoxları vardı ki, bilirəm ki, suallarınızın altında var. Sağ olun. Nələr haqqı haqsız edər? Haqlılığını əslində istəsəm desəm, haqlı bir şeyi ya bir adamı, bir toplumu nədən haqsız edər? Nələr haqsız edər? Məncə heç bir şey. Bir dənə haqqı əlindən aldın, ona qanuniyyət verəcəksən, o qanunlar özləri haqsız qanundular. Məsələn, bu günləri bizim Güney Azərbaycanımız və eyni zamanda belə deyək, Qacar hakimiyyətinin, Qacar Türk hakimiyyətinin çöküşündən sonra yeni bir imperiyaçılıq sistemi gəldi ortaya. Fars imperiyası. Bu Fars imperiyası təbii ki, bilirsiniz, öz əli ilə gəlmədi. İngiltərənin, Rusların ortaqlığı əli ilə gəldi. Ancaq gəldi və burada bir dənə haqq pozuldu. Bu haqq pozulub və onun pozğunluğu da qanuniləşdi. Yəni, Məmalik-i Məhrusi Qacariyə aradan götürüldü. Onun yerinə daha doğrusu İran sözü gəldi. İran sözü gəlincə Kürdlərdən, Türklərdən, Ərəblərdən, Bəluçlardan, ondan sonra Türk keçsin də, Türkmənlərdən və Türk keçsin Qaşqaylardan, nələrdən, hətta Gilərçilərdən, hətta demək ki, Mazənlərdən və xatirimə gələnlər deyirəm də, bir çox haqlar pozuldu və bunlara getdilər, yeni kimliklər verməyə başladılar. Əcəba, bu yeni kimliklər onlara qanunsəllik yaratdı mı? Yarada bilmədi. Bu günlərdə Türk özünü Türk bilir, Kürd özünü Kürd bilir, Bəluç özünü Kürd bilir. Məncə, hər hansı bir zorakılıq əsasında haqqı haqsızlıq etmək qanunsuzluq. Siz orada öyle bir fikir bir dana səhv elədi. Səhv oldu məncə. Bəluç özün Kürd bilir dediniz. Yox demədim. Dedim Bəluç. Ona görə istədim bunu islah edəsən. Əgər Bəluç. Yox dedim Bəluç, Kürd. Yəni saydım bir bəbir. Bəluç bilirmi yoxsa? Dedim bəlkə özünü Bəluç bilir, özünü Kürd bilir, özünü nə bilir. Tamam. Bəs indi haqlı bir adamı ya toplumu nələr haqsız edir üst-üstə? Xülasə desək? Haqlı bir, demək ki, mən yenə deyirəm ki, haqq heç bir zaman haqsızlığa məruz qalır. Amma onu aradan qaldırmaq üçün kimsənin haqqına qanuniyyət vermək mümkün deyil. Yəni, istəyirsiniz burası əslində haqlı, həmişə haqlı qalır, hətta haqsız görsətsələr də. Haqsız göstərilsə. Tamam. Haqq qavramı, bu haqq qavramı var zehnimizdə. Subjektiv. Bu subjekt pozulan bir qavramdır mı? Pozulur əlbəttə. Əlbəttə pozulur. Əlbəttə pozulur. Bax, nümunəsini deyək. Demək ki, 1828-ci ildə Türkmençay böyük bir haqqı
pozucu duruma gətirdi, saldı. 200 ildir biz bu haqsızlığa məruz qalmış bir millətik. Yəni parçalanmış bir millətik. Məgər düşmənmiş. Məgər elə deyil? Elədir də. Amma biz bunu qəbul etmirik. Qəbul etmirik və bunun demək ki, qarşısında mübarizə edirik. Bunu aradan qaldırmaq üçün mübarizə edirik. Haqqı heç bir zaman, haqqı hər zaman haqsızlığa məruz qalır, amma heç bir zaman ölümə məhkum ola bilməz. Tamam, indi onda böyle soruşum bunu. Kim ya kimler hak ve haklıdır? Kimsə belə deyək, doğadan gəlmiş, doğanın demək ki, aracılığı ilə əldə edilmiş bütün haqlar hamısı haqdır. Onu pozacaq qüvvələr, güclər nə qədər də güclü olsalar haqsızdır. Güzel. Kimler onda haklı değil? Dedisi gücüler, pozan güçler. Ha? Pozanlar heç bir zaman güclü değiller. Güclüdürlər amma haqsızdılar. Haklı Haqlı değil. Ama mutlak hak diye bir şey var mı? mütləq haqq deyə bir şey ola bilməz. Yoxdur. Axı onda mesela indi biz ne cür diyoruz ki 200 ilde ayrılmış, haklı yok, ama ayrılmışlık ve hak gözdür. Baxın, bir ilə yüzün arasında, nəhayət, sınırsız bir şey vardı, nisbiyyət vardı. Sınırsız bir nisbiyyət vardı. Siz təsəvvür eləyin matematikdə siz gəliniz, demək ki, məsələn deyirəm, nə cür deyim, 30'u bölüz, nəyə deyək, məsələn, deyək, 4'e bölüz. Ya, yox, şey deyək, başqa nisbət deyək, başqa bir şey deyək. Məsələn, deyək ki, 33'ü bölək 4'e. Necə gələr? Mütləqa axırında bir dənə, demək ki, bir dənə açıq vardı. Mütləqa. Axırında bir dənə açıq vardı. O nisbət. Amma mütləqa yaxın bir nisbət. Tamam. Nisbidir ama yukarı. Mütlaka yakın nisbi. Bəli. Tamam. Özünüzü ve teşkilatınızı hak ve haklı bilir misiniz? Mütləq. Bax, burada mütləq gəldi ağzımıza yine. Görürsünüz burada o qədər daha doğrusu mütləqə yaxındır ki, artıq deyə bilmirik ki, çox yüksək dərəcədə, kesinlikle biz özümüzə haqq bilirik. %99. Təbii. Tamam. Ersel'in hükümetse muhaliflerinizi Güney Azerbaycan'da teşkilatlar, federalçılar, istiqlalçılar, qanunçular, İrancılar falan bunlar. Onlar ki, hətta deyək, məsələn, deməyək İrancılar, deyək olar ki, qanun əsası istəyirlər. İçəridə olanlar da muhaliflərinizi, əslən muhaliflərinizi deyək, çox o mən dediklərimiz oyuncu var. Muhaliflərinizi haqlı bilirsinizmi? Əlbəttə. Zaman gəlişata bağlı olaraq demək ki, heç kimi tam olaraq haqsız və hər kəsi tam olaraq haqlı bilmək doğru deyil. Bu bir mütləqçilikdir. Mütləqçilik siyasətdə anlamı yoxdur. Mütləqçilik məsələsi fəlsəfədə bir zaman oldu. Həm Avropada böyük feyləsuflarımız əmələ gəldilər. Ancaq mütləqçi olduqlarına görə demək ki, haşiyədə qaldılar. Hətta öz Azərbaycanımızda da, öz Quzey Azərbaycanımızda da mütləqçi bir ocaq var. Asfəta ocağı. Çox belə böyük dəyərli bir insanımız. Çox mütəfəkkir bir insanımız. Gerçəkdən də mən hardasa dəfələrlə onun yanında olmuşam. Ocağında da olmuşam. Özü ilə
tək söhbət eləmişəm. Bir heyətlə Təbrizdən getmişik. Orada danışmışıq, söhbət eləmişik. Çox bilgin bir insan, çox dəyərli bir fikir sahibi, amma mütləqçi. Yəni mütləqçi dediyində demək ki, bunun ümumiyyətlə özünün ortaya qoyduğu hər şey öz içində özünü nəf edir. Hər şey öz içində özünün təzadını yaradır. Hər şey ki öz içində özünün təzadını yaratdı, bu mütləq olmaz. Mütləq ona görə siyasətdə, fəlsəfədə, ondan sonra hətta ideologiyada demək mütləqçilik xəta bir şey. Olmur. İndi bunu dedik, yəni Güney Azərbaycan təşkilatına dedik ki, müxalifətlərinizi necə görürsünüz, haqlı görürsünüz ya yox. İndi birdən də bunu soruşaq. Düşmənlər dediğim, yəni məsələn Farslar, Fars təşkilatları, İrancılar, İrancı təşkilatı, Pan-Fars, Pan-Şüvünizm, Pan-İranizm, bunlar ki müxalifdirlər. Bunları haqlı görürsünüz? Əsla. Onlar bizim düşmənimizdirlər. Onlar bizim həyatımızla 100 il oynayıblar, 100 il bizi sömürüblər və biz də onların büyünləri o sömürgəliklərinə demək ki, son verməyə çaba göstərir. Bizimlə olan arasında haqq ilə nahaq davası var. Haqq bizim millətimizdir. Haqq bizim millətimizin amacı, arzuları, nəcib diləkləridir. Haqsız o millətin qabağında, qarşısında demək ki, dirənənlərdir. İndi gəldik o püf nöqtəyə yetişdik ki, buradan bəhs edirdik. O da budur. Hər kəsən özünü haqq bilir. Hər kəs öz durduğu yerdən haqqa baxır. Özünü haqlı bilir. Və qarşıdaşı nahaq bilir. Bu da o özünün gücünə bağlıdır. Gücü olsa haqqı emal edir, öz bildiği haqqı emal edir, yerinə gətirir. Gücsüz olsa haqq bildiğindən vaz geçir. Təslim olur. Siz bunu qəbul edirsiniz? Vazgeçmək yox. Vazgeçmək olmaz, mümkün deyil. Hal-hazırda 200 il geçməsindən asılı olmayaraq, biz Türkmençay müqaviləsini qanunsal bilmirik, haqlı bilmirik. Onun demək ki, onun zamanında, vaxtında ləğv olmasını və haqqın haqqa yetişməsini tələb edirik. 200 ildir biz buna təslim olmuşduq da. Yəni hələ feylən zorumuz çatmayıbdı, durmuşuq qıraqda, feylən hələ. Əlbəttə, doğrudur. Zaten biz millət olaraq bir təslimçi demək ki, millət deyil. Dövlətimiz təslim olubdur. Dövlətlə millətin məquləsini, söyləmini fərqli tutaq. Biz dövlətimizin nümayəndəsi yox. Sabahları biz də gəldik, dövlət olduq. Daha doğrusu, onda millətimiz bizi qabağında, qarşısında qoyub tərazi edəcəkdir. Ki, bunlar demək olar ki, bizim haqlarımızı nə qədər müdafiə edirlər. Haqlı və haqlını ölçmək üçün ölçünüz nədir? Mənim ölçüm, demək ki, parametrlərim həm obyektiv, həm subyektivdir. Obyektiv nöqtə nəzərdən budur ki, daha doğrusu, bir millət özünü nə sayaq tərif edib, nə sayaq demək ki, özünü önə çəkmək üçün onun ülküləri qarşısında özünü canını, malını, ailəsini, bütün varlığını, vücudunu verməyə hazırdır. Bir bu. İkinci, obyektiv əsaslar da budur ki, demək ki, mən iki dənə milləti bir-birinə tərif eləyəndə, müqayisə eləyəndə, onun ədəbiyyatına, kültürünə, onun demək ki, hətta milli rəqslərinə, milli geyimlərinə, milli demək ki, nəzir deyim, musiqisinə, ondan sonra onun teatrına, onun yəni yeni çağda deyir, onun davranış tərzlərinə, dünyada ona olan baxışlara
daha çox diqqət edirəm. Ki, baxıram görəm, bir Azərbaycanlıya dünyada bu günləri etibarilə bir Azərbaycanlıya çox fərqli baxılır. Çox fərqli baxılır. Çox çalışqan, çox oxuyan, çox yüksələn, çox özünü üstün tutan, dövlət adamı kimi özünü demək ki, ortaya qoyan və bir başqa xalqa bir başqa türlü baxır. Bir başqa türlü baxır. Məsələn, baxır, indi aşağı qədələrdə belə filan. Bunu keçək bu məsələni ancaq bunlar... Nə cür ölçürsünüz haqlının, haqlını nə cür ölçürsünüz? Dediyim kimi, obyektiv və subyektiv. Buyurdunuz, indi obyektivdən? Obyektiv də bundan ibarətdir ki, bir, millətlə millətin arasında olan o kültür fərqliyini. Məsələn, rəqs fərqliyini. Məsələn, bu günləri Azərbaycan rəqsi ilə filan ölkənin, filan demək ki, kimsə. Məsələn, qoy deyək də, ya biz indi daha doğrusu dost düşmən söhbət edirik da. Deyirik ki, hansı xalqlar, hansı millətlər bizim varlığımızı... Hamısından Türk'ün haqlı və haqsız olmağın nə cür ölçülür? Elə buradan gedək daha rahatlaşır. Əlbəttə. Yox ediblər. Dediyim kimi, siz bu günlər gəlin Farsın dili ilə Türkün dilin bir-biriyle müqayisə edirsiniz. Bu bir müqayisə. Türkün dili dünyada ən stabil dillərdən birisi sayılır. Yəni, bunu mən demirəm ki, bunu UNESCO deyir. Bunu demək ki, dünyanın ən üç güclü dillərindən birisi Türk dilidir. Tamam. İndi mənə gəlsələr desələr, doğrudur. Mən başqa dilləri bilmədiyimə görə biraz da ingiliscəni bilirik. Hindi-Avropa dillərin müəyyən dərəcə demək olar ki, qaydalarını bilirik. Ondan qalan heç dili bilmirik ki biz. Görək nədir, nə güclükdədir, nə filan da behmanda. Amma ümumiyyətlə öz dilimizi Farsla müqayisə eləyəndə, fars dili ilə müqayisə eləyəndə, Farsın demək ki, qayda və qaydasızlığı 95 və 105 əsasında. Yəni 90 üzərində bir qayda dildir. Zamanı siz sərf edirsiniz, zamanı. Amma Türkün demək olar ki, %100 qaydalı dildir dünyada. Yəni, təsəvvür edin ki, mən inanmıram ki, dünyada belə bir şey olsun, bu qədər qaydalı dil olsun. Ondan sonra demək ki, lüğət düzəltmə, isim düzəltmə. Dil, məsələn, dil əslən gözəl olsun, deyək ki, dil haqlı çıxatmaz ki adamı. Ya bir toplumu haqlı eləməz ki. Biz haqq demədik ki, haqdan danışmırıq. Elə haqdan danışmırıq. Bir xalqı, haqqı nədir ölçmək olar? Haqqı və haqsızlığı nədir ölçmək olar? Haqqının haqsızlıq məsələsidir. Bəli, haqqının haqsızlıq ölçmək olar. Bəli, onu. Yəni, yox, bizdə onun əlbəttə elə bir ki, doğru deyilsiniz. Biz geçdik başqa bir şeylərə. Hər halükarda dedik ki, bunun subyekt tərəflərini dedim. Obyekt tərəflərindən ibarət budur ki, demək ki, haqlı, haqsız məsələsi burada əgər biz gəlsək, desək ki, hansı haqlı və hansı haqsızdır və gözə görünən haqsızlıqlar haradadır? Birinci budur ki... Yox, onu demiyorum. Məsələn, haqsız çox saymaq olar. Amma nədir ölçürük ki? Bax, bu bizim metrimizdir. Bir beləmizə bir metr deyirik. Ya bunu dəyişməyəcək dəqiqə başı. Çıxadacaq, yekəldaq, çıqqıldaq, yox. Deyəcək ki, bu metridir. Bundan ölçəcək, hər nə bundan olsa, hər nə bizim zərərimizə də olsa haqdır, xeyrimizə də olsa haqdır. İndi o ölçü nədir? O ölçü. Edirsiniz, doğrudur. Dil söhbəti oldu burada. Dil söhbəti olunca məsələ fərq edir. Yox, mən dilə getmirəm. Mən dilə əslini istəmirəm gedək. Dil məsələsini getmirəm. İndi istəyirik şuraq ki, soru budur. Haqlı olmağı və haqsız olmağı hangi metrlə, hangi ölçü ilə ölçürük? Tamam. Və oldu bu ümumi bir şey. Ben anlamamıştım. Yox. İrandan çıxaq eşiyə. Oradan çıxaq eşiyə. Baxın, demək ki, bizim torpaqlarımız bu günlər işgal altında. Doğru. Bu bir parametr. Dilimiz işgal altında.
Bu iki parametr. Bizim bütün sənayemiz, daha doğrusu fələt vəziyyətində. Kimin vasitəsilə? Qarşı tərəfin vasitəsilə. Bizim demək ki, yeraltı, yerüstü bütün sərvətlərimiz hamısı nədir? Tarac olub gedir. Yəni talanır gedir. Bizim insanlarımız öz vətənlərində, öz torpaqlarında vergi verdiyi o vergini istəyir ki, demək ki, 2 qat mərkəzdən daha ağır vergi verir. Bizim yatırımçılarımız istəyirlər gəlsinlər, Azərbaycanda bir yatırım yatırsınlar. Gəlirlər buna, təklif edirlər ki, yatırımı burada yatırma, apar məsələn, Gəzdə yatır. Biz səndən nədir? Əvarizdə almayacaq, bələdiyyə əvarizdə almayacaq, sənə yardım edəcək, köməklik eləyəcək. Amma əgər Azərbaycanda istəyəsən bunu qoyasan, Azərbaycanda. Bunun demək ki, əvarizi dubludur və bələdiyyəsi xərcləri dubludur, filandır, behmandır. Bunlar demək olar ki, üst-üstə gələndə onlarla müqayisə bilir. Hər türlü onların. Bizim məsələn fabrikalarımızın olmasıyla, tətil olmasıyla gəncliyimiz, cavanlarımız məcbur qalırlar, çıxırlar, gedirlər Farsistanda, daha doğrusu özlərinin rütbəsindən çox aşağı işlərdə fəhləlik eləməklə məşğul olurlar. Bunlar obyektiv əsaslardılar da, təraz dedik da, təraza qoyulur. Bu tərazın ağırlığı təbii ki, nədir? Azərbaycan, Türkünün milli mənafi hər millətin ya hər adamın özünün mənfəəti ölçüdür. Özünü ölçür. Yəni mən sizin gözünüzdə mümkündür haqsız olam, amma mən haqsız olaraq özümü haqlı bilirəm nəyə? Öz mənfəətim əsasında. Millətimi haqlı bilirəm, öz millətimin milli mənafeyi, farklılar məsələn özlərini haqlı bilirlər, öz millətlərinin mənafeyi əsasında. Bunu demək olarmı? Əlbəttə demək olar, amma mənə cavab verəsi bir nəfər tapılmaz desin ki, tamam, sən əgər bu dediklərinə sənəd bəlgə ortaya qoyursansa, örnəklər ortaya qoyursansa, demək ki, sən haqsızsan. Mən ortaya qoyandan sonra bunların nədir? Hamısı haqlı çıxardacaq məni. Amma mənim qabağımda, qarşımda bir farsa gəlib desə ki, buna görə mən haqlıyam deyə, deyəcəklər, gəl sənədləri qoy qabağa. Sənəddə heç bir bəlgə ortaya qoya bilməyəcəkdir. Deyə bilməyəcək ki, mən çünki, məsələn deyirəm, Vərziqanda ehtimal vardı ki, zəlzələ olsun, deprem olsun. Mən gətdim tezliklə oranın misini boşaltdım ki, deprem olmasın. Yəni bunu kimsə inanır mı? Yox. Heç kim inanmaz. Dünyada heç kim buna inanmaz. Yəni Farsın demək ki, ortaya qoyduğu bu ola bilər. İndi bu günləri gəldi ki, acaba siz məsələn deyirəm, İran Federasyonu, Futbol Federasyonu məsələn, tamam, 2 dənə nəhəng demək, özünüzün dövlət timiz var, takımız vardı. Onlara gətirirsiniz ildə milyardılar şey verirsiniz, xəş verirsiniz. Əvəzində bir dənə Təbrizin traktoru vardı. Onun bir sahibi vardı. Zunusi adında bir sahibi vardı. Onu da məcbur edirsiniz ki, timi təhvil versin, sipaha və çıxsın, geçsin. Təraz bu deməkdir da. Təraz budur. Hər il bu ligin son 5 həftəsinə, 6 həftəsinə yaxınlaşanda bu timin içində, bu takımın içində bir vəlvələ yaraldırsınız, bir zəlzələ yaraldırsınız, bir qaçma yaraldırsınız, bir qoçma yaraldırsınız. Və bu illərdə həman işi gördünüz. İspaniyalı gətirmişdi. Dünyanın ən mətrəh demək ki, şeylərinə, teknik adamlarından birisini. Tamam. 5 həftə, 6 həftə qala qaçıtdılar biləsin. Kim qaçıtdı? Federasyon qaçıtdı. Yəni bizim əlimizdə olan faktlar və onların əlində olan daha doğrusu antifaktlar hər şeyi göstərmiş olur ki, haqq bizim. Doğru. Teşekkür ederim. Dostlardan biri yazdı www.kurtuluş.com ha belə e-mail ilə ucur olur.
Əgər e-maili də mən diqqətlə oxuya bilsəm, YouTube bir dənə iki nöqtə qoyursunuz. Fikrim iki nöqtə olmaz, amma ondan sonra @ Qurtuluş GAMQP yəni Güney Azərbaycan Milli Qurtuluş Partisi də e-mailidir. Belə gördüm. Dostlardan biri yazdılar. Fəqət istədim yetirəm ki o YouTube'dur. YouTube'dan geliyipti. YouTube'dan gelip koyup. Bəli, YouTube'un YouTube adresi oturdu. YouTube'u istəyəsiniz tapasınız dostlar. YouTube'da Qurtuluş Güney Azərbaycan Milli Qurtuluş Partisi baş hərfləri ilə gəlir. Tamam, gördüm. Ben özüm sevdim ona göre dedim bunu diyeyim orada. Sizin təşkilatın düşüncelerinde en önemli milli haklar nelerdir? Şimdi bu haklardan danıştık, haksızlıktan danıştık, beyinsel ve görünürler haklardan danıştık. Ne tür koyduk ortaya ki, ne tür ölçak? Şimdi sizin partinin görüşlerinde milli haklar nelerden ibarettir? Milli haklar nelerden ibarettir? Milli hakları eğer desek ki silsileyle tarif edesek, demek ki yaşam ve egemonluk hakkı, yani devlet hakkımız. Bu bile başta gelir. İkinci, insan hakları. Bunu menzuruz budur da. Buyurun, siz diyeceksiniz, ben yok. Yok, deyirəm, yani yanlış getmirəm ki. Xeyr. Deyirəm, sizi hakları sayırsınız, milli hakları sayırsınız. Azerbaycan'ın ya Güney Azerbaycan'ın ya Türklerin milli haklarını sayırsınız. Doğrudur. Demək ki, temel insan haklarıdır. Temel insan hakları ve özgürlükləridir. Özgürlüklər haqqıdır. Yaşam haqqıdır. Düşünce ve anlatım özgürlük haqqıdır. Mən necə düşünürəm, necə anlada bilirəm özümü və onun demək ki, haqlarını necə öz haqqımı bilirəm. Ondan sonra bilgi və bilişim haqqıdır. Hər insanın haqqıdır ki, bilimə və bilişimə əl tapsın. Hər insanın haqqıdır. Bu, insanın ən özgür azadlıqlarından haqq sayılır. Din, inanc və vicdan özgürlüğüdür. Din, inan ve vicdan özgürlüğüdür. Basın, yayım, iletişim. Basın, yayım, iletişim. Yani bugünkü etibarıyla desək medya. Medya azadlığı, özgürlüğüdür. Sonra birey savunma hakkı, özünü savunacaq hakkıdır. Birey savunma hakkıdır. Yönetime katılma amacıyla örgütlenme hakkı. Yönetime katılma amacıyla təşkilatlanma hakkı. Herkes hakkı vardı yönetime el koymak için təşkilat yaratsın. Herkesin hakkı vardı. Çalışma hakkı herkese aittir. Kimsenin çalışma hakkını onun elinden almak mümkün değil. Yiyelik milli hakkı. Haklar, bunlar yani, milli haktılar da. Milli haklar sayırsınız. Milli hakkı. Yani. Yiyelik hakkı. Yani hakkı malikiyet. Yiyelik hakkı. Yani hakkı malikiyet. Herkesin alım, satım ve ona sahip olacak hakkı vardır. Temiz ve doğal çevre hakkı. Temiz ve doğal çevre hakkı. Herkesin hakkıdır ki özünün demek ki doğal yaşadığı yerin çevresini temiz saklasın ve onu daha doğrusu bir hak kimin özüne vazgeçilmez sayılır. Ondan sonra herkesin hakkı vardır ki istediği yere, istediği zaman, istediği imkanatla gəziyə çıxsın. Müsafirət haqqı. Müsafirət haqqı, gəzə haqqı. Sonra toplantı, göstəri, yürüyüş və etkinlik haqqı. Toplantı, göstəri,
yürüyüş ve etkinlik hakkı. Herkesin hakkıdır ki sindikası, ondan sonra ittihadiyyəsi təriqiyle ya fərdi ya ümumi şəkildə bu hakkı meydana qoysun. Tamam. Burada Əsas toplumsal hakları sayırsınız, nəzərə bir də bireysel hakları sayırsınız. hamısı milli haklardılar. Ama Hamısı milli haklar yani toplumsal haklardır. bəli, Ve nəhayət herkesin hakkıdır ki işkenceye karşı toplum esasında işkenceye karşı demek ki sazman, təşkilat və ya fərdi və birey hərəkətlərə əl vursun. O da çok önemli şeylerdendi ki bu tabii ki şey olur. Ondan sonra da bizim şeylerimiz, demek ilçe haklarımız var. Yani milli hakların ilçesel hakları. Milli ilçesel haklar mesela Türklük ve milletçilik bizim hakkımızdır. Bizim hakkımızdır ki burada neyin yap? Özümüzü ediyək. İlk önce dedim devlet. En başta gelen devlet haktır. Milli haktır. Devletçilik bir milli haktır. En başta dedim. Bunlar ve bizim de Milli Kurtuluş Partiyasına ait olan bir özellik vardı. Bizim hakkımızdı ki öz çarçuvamızda, öz demek ki təşkilatımızın əsaslarında devrimci ve kurtuluşçu olaq. Bu da bizim hakkımızdır. Bu hakkı biz özümüze elbette biz özümüze sizin devlet kurulanda da bu hakkı milletlere vereceksiniz. Millete, inşallah toplumlara. yani vermezsek bizim ısınlar dağılsınlar tamamen. Aradan kaldırsınlar. Tamam. Sağ olun. Bu bölümden 3 sualımız kaldı. Hangi hakları pozulmayan bireysel ya milli haklar bilirsiniz? Pozulmayan. Hangi haklar pozulmayan? Milli hak veya bireysel hak kimin? Hangi hakların milli ve bireysel pozulmayan? Yani pozulmayıp yoksa pozulmağa imkanı yoktu. Yani mümkündür gözler geleler aradan aparalar biz falan elimizde olmasa ama haklılığına hak kalır. O hak kalır. Devletçilikdir, birey haktır. En başta giden devletçilikdir, birey haktır, çağdaşlıktır, laiklik hakkıdır, inanç, inanç özgürlüğü haklardır. Bunlar o şeylerdirler ki bir insanın varlığını təşkil edirlər. Bir insanın varlığı bunlara bağlıdır. Dediğim kimi devletçilik biz niye bu kadar mücadele edirik meseleye? İnsancıl mücadilədir bu. Deyirik ki bir devletin, bir milletin, bir bireyin eğer devleti olmasa hakkı onun esas hakkı elinden alınıbdır. Deyirik. Bunlar dediğim. Tamam. Eğer buradan bəhs elədik ki güc gələndə ortaya gələndə hak pozulur. Ama indi soru budur. Hak ve haklı olmaz. Tətil götürər mi? Yok. Hiçbir zaman tətil götürmez. Hak ve haksızlık tətil götürərsə təslimçilik əmələ gələr. Təslimçilik əmələ gələn yerdə hakkın demək müdafiəsin anlamı kalmaz. Yani haktan vazgeçmek hakkımız yoktur. Belə bir şey deyirsiniz. Haktan vazgeçmek hakkımız yoktur. Yok. Belə buyurursunuz. Sürekli haksızlığa karşı mücadele. Güzel. Biz ona göre kurtuluşçu ve devrimçi. Biz ona göre kurtuluşçu devrimçi yok. Tamam. Güzel. Hak ve haklı ya özün haklı bilen birey ve toplum. Hakkı ya hakları üçün silahlı savaş hakları var mı? Var. %100 var.
%100 var. Dünənləri bizim elə bir sözümüz bir sənə elə alındı ki, biz demək ki, silahla demək ki, mədəni və sivil toplum savaşını bir-birindən ayırdık. Yox. Biz deyirik ki, savaşda, yəni qurtuluşçu savaşda, istiqlalçı savaşda o savaşa qalxan, vətənini sevən, vətənini yenidən ələ edən kütlənin amacına çatmaq üçün əlində hər hansı əlində demək ki, devrəmsəl güc varsa onu irəli götürməsi gərəkir, vacibdir. Ancaq, yenə burada bir ancaq var. Ancaq budur ki, bizim millətimiz o qədər güclü, o qədər qüdrətli və düşməninin qabağında o qədər kəsərli bir topluma malikdir ki, bugün etibarilə dünyada ən demokratik, ən demək olar ki, çağdaş bir terror dövlətinə qarşı örnək görünür. Terror dövlətinə qarşı bir örnək kimi görünür. Bax, bu bizim üçün fövqəladə bir şeydir. Bu nə ərəblərdə var, nə türklərdə, kürdlərdə var, nə bəluçlarda var. Çünki onlar çox kiçikdirlər. Biz çox böyüyük. Amma yeri gəldi, vaxtı gəldi, təbii ki, silah son sözü deyə bilər. Doğru. İndi bəhsimiz keçir ədalətə. Ədalət nədir? Sizcə ədalət nədir? Ədalət nədir? Ədalət hüququn və qanunun bir-birinə uyğun təcəllisidir. Hüququn və qanunun... Qanunla hüquq ikisi bir şeydir. Bunlar bir-birinə qarşı ola bilərmi? Əlbəttə olar. Olanda ədalət pozulur. Olanda ədalət pozulur. Bir də buyurun, mən anlamadım. Bir də buyurun onda. Çünki tərif kimin deyirik da bir cümlə olsun. Ondan sonra təbii ki, açılacaq da bunlar hamısı da. Peki, buyurun. Mən dedim kimin, hüquqçu deyirəm. Mən öz tərifimi deyirəm. Öz anlayışını. Biz də sizin tərifinizi istiyoruz. Təbii ki. Bizim bir tane müşkülümüz vardı. Eldar Bey, bizim bir tane müşkülümüz var. Bizim hukukçumuz yoktu. Milli hukukçumuz yoktu. Güney Azerbaycan'ın milli hukuku ortada yoktu ki hukukçu onun üzerine diye bize. Biz hukuku cənabız, mən, Həsən, Hüseyin, Kazım, Qasım, Məhməd yaradacağıq. Güney Azərbaycanda biz hukuk yaradacağıq. Hukukçular onu oxuyacaqlar. Ondan sonra onun üstündə deyəcəklər, ha, indi siz bir iddia edirsiniz, bu qanunun üzərində, qanunu uyğundur, uyğun deyil. İndi biz feylən, əslində biz hukukun teorilərini yaratmağa çalışırıq indi. Yəni bu danışıqlar aparırıq cənabızla mən, bu teorilərin əsasında hukuk yazılacaq. İnşallah, əlbəttə. Mən sizə deyim, bir şey deyim mən. Gerçəkdən də bizim bu günləri yeni nəslimiz demək ki, çox üstün düzeydə təhsil alırlar. Hətta Türkiyədə bizim hüquqçu demək ki, soydaşlarımız varlar, cavan, gənc ki, artıq elə Türkiyəli dostlarımın özlərinin dediyinə əsasən deyirəm. Özü də hüquqçudur. Deyir bu adam, deyir bu gənc, bu cavan sabahlar bir nabığı olacaq. Yəni, güneydən getmiş bir gəncimizi tərif verir. Deyir bu nabığı olacaq sabahları. Yəni, vardır, çox inşallah olacaq. Amma bizdəki təbii ki, əlimizdən gələni. Dedim ki, demək ki, ədalət hüquqla qanunun bir arada təcəllisi deməkdir. Təcəllisinin sonucu deməkdir, nəticəsi deməkdir. Bir tərəfdən deyirik ki, hüquq haqları müşəxəs edir. Bir tərəfdən də deyirik ki, hüquqla qanunların ortada təcəllisi. Çünki qanun hər şeyin yazılısıdır. Qanun yazır qoyur ortaya və hüququn da demək olar ki, əsaslarını qanun yazır qoyur ortaya. Bizim bir qanun əsasımız var, anayasa. Doğru mu? Hər şey o anayasanın üzərində qurulur da, bir məmləkət anayasanın üzərində qurulur.
Bu anayasa yazılır. Onun demək olar ki, 3 şey vardı. 3 qolu vardı. Bir-birindən fərqli, bir-birindən mücərrəd, bir-birindən müstəqil, özgür. Demək, qanunda ondan sonra cəzada, qeydə, əda cəzada, bir də icrada. İcra. Yəni bu üçü əslində bir-birindən fərqli olmalıdır, bir-birindən ayrı olmalıdır. Amma icrada nə qədər bunlar bir-birindən ayrı olursa, orada hüquq dövləti anlam tapır. Hüquq dövləti anlam tapır. Dövlətin 3 qolu vardır, bir-birindən ayrı, amma bir-birinə tam bağlı, amma bir-birindən hökmüdə, icrada və səhnədə alanda bir-birindən müstəqil olur. Əgər belə bir şey olursa, hüquq dövləti olur. Yox, belə bir şey olmazsa, hüquq dövlətliyindən çıxır. Var ədalətə, yəni mən indi o ədalət soruşuram. Ədalət qavramı ki, beynimizdə var, bunun ədalət, yəni oluşduğunu. Ədalət hüquq deməkdir. Aha. Hüquq. Ədalət, tamam. Tərifi sifəsi budur. Ədalət hüquq deməkdir. Hüquq. Tamam. Təbii ki. Haqqıdır da, hüquq haqq. Bəli. Mən dediyim buyuruz. Buyurun. Siz deyiz. Tamam. Ədalət mütləq bir qavramdır mı? Yox. Ədalət mütləq qavram yoxdur. Zaten dünyada mütləq qavram yoxdur. Ədalət də nisbidir. Ədalətin tarazısı nədir? Nə cür ölçürük ədaləti? Adildir, adil deyildir. Ədalətin tərazisi məhkəmə, milli məhkəmə, insan o milli məhkəməni idarə edən və yönəldən vicdan məhkəməsi. Yəni, başında dayanıb bir qazi, belə deyək, yargı, məhkəmə. Tamam. Məhkəmədə bir qazi vardı, onun jüri heyəti vardı, onun demək ki, qazılar heyəti vardı, belə deyək. Yəni, tərazi gene qanun olur. Ədaletin tərazisi qanun olur. Ya qanunun icrası. Siz buyurursunuz qanunun icrası. Qanunun icrası. Ədalət qanunun icrası sayılır. Tamam. Ədalətin də kim tərif edir beləliklə? Ədaləti demək ki, hüquq insanları və ümumiyyətlə əgər tutsaq, bunlar əlbəttə şeylərdir, təriflərdirlər ki, demək ki, ədaləti ümumiyyətlə kağız üstünə gətirib, qanun üstünə gətiribdir, qanun əsasında. Amma ədalətin özünü əslində desək ki, anayasa. Ədaləti tərif edilir, amma ədaləti icra edən məhkəmədir. Gözəl. Ədalətin ölçüləri nələr olur? Nə ilə ölçürük? Nələri ilə ölçürük? Bu ədalətdir, bu ədalət deyil. Məhkəmə var, hüquq var, amma biz toplumu ya bir hökmü ki, məhkəmə veribdir, adil bilmirik. Deyirik ki, ədalətsizlik olubdur. Nə ilə ölçürük ədaləti? Məsələn, axı burada da vardı. Məsələn deyirəm, bir anayasa məhkəməsi var. Anayasa məhkəməsi var. Bu anayasa məhkəməsi nədən ötürdü? Anayasa məhkəməsinə ümumiyyətlə demək ki, siyasi partiyalar və siyasi alina müraciət edər. Nə cür müraciət edər? Məsələn, deyək ki, burada bir dövlət hakimiyyətdir. Hakimiyyət dövlətin qoyduğu kuralları, anayasanın qoyduğu kuralları çeynəyibdir. Gətirir, bir dənə tərzi qoyur ortaya. Məsələn, bir dənə qanun qoyur ortaya ki, bu qanun bizim həm anayasamızın aykırıdır, həm millətimizin yaşamı ilə tərsidir. Həm millətimiz, məsələn, nümunəsini deyək. Məsələn, nümunəsini deyək ki, demək ki, gətiribdir bir nəfər, belə deyək, siyasi insanı, onun hakimiyyət iktidardır. Demək ki, düşünür ki, bu insan əgər azad fəaliyyət göstərsə, özgür fəaliyyət göstərsə,
azad olarsa, demək ki, mənə təhlükə yaradacaqdır. Mənə təhlükə yaradacaqdır. Buna gətiririk, bir ünvanlar qoyuruq deyə. Bu titillərlə, ünvanlarla bunu çəkirik içəriyə. Məsələn, deyir ki, bu dini baxımından filandır. Məsələn, bu deyir ki, bunun zehnində, fikrində, düşüncəsində, partiyasında dövlətə qarşı bir şey vardır, çevriş düşüncəsi vardır, filanı vardır. Bunu gətirir, verir məhkəməyə. Məhkəmə bu adama fərzi şəkildə, çünki məhkəmə iqtidarın, hakimiyyətin demək ki, təsiri altına düşübdür, o istiqlaliyyətini əldən veribdir. Gətirir buna, daha doğrusu bir zaman görürsünüz ki, haqsız yerə 10 il, 15 il zindan verir. Yəni bunu bitirsin deyə. Bitirsin ki, özü hakimiyyətdə qalsın. Bunun qarşısında müxaliflər var. Bunun qarşısında demək ki, ali məhkəmə var. Bu ali məhkəmə müraciət edir. Həm siyasi nöqteyi-nəzərdən partiyalar, həm hüquqi nöqteyi-nəzərdən ali məhkəmə müraciət edir anayasa məhkəməsinə. Anayasa məhkəməsinə müraciət edir və deyir ki, bu haqsızlıq olubdur. Bunu yenidən baxmaq lazımdır. Bunu yenidən baxmaq lazımdır. Bu təraz əgər doğru düzgün irəli gedərsə, demək ki, nə olur? Haqq İndi baxın ki, həman müşkül Ali məhkəmədə də gələ bilər. Anayasa məhkəməsində də gələ bilər. Biz nə cür ölçürük ki, bir şey ədalətlidir, ədalətli deyil? Nə ilə ölçürük? Mənə belə gəlir ki, burada artıq demək olar ki, insanların ölçümü özlərinə, öz nisbətlərinə qalıbdır. Özlərinin zehniyyətinə qalıbdır. Artıq burada, əgər məhkəmə də özünün əleyhinədir, əgər anayasada özünün əleyhinədir, əgər demək ki, bütün qanunlar da özünün əleyhinədirsə, yəni bu insanın özünə qalıbdır artıq demək olar ki, bunu tərazlasın. Desin ki, bu haqsızdır. Ədaləti necə sağlamaq olar? Necə yaratmaq olar? Necə saxlamaq da? Nədir sağlamaq olar? Hüquq dövləti ilə. Ancaq hüquq dövləti ilə, yəni üç qüvvənin bir-birindən tam olaraq özgür, bağımsız olması, demək ki, bir-birinə hər an göz dağı verməsi, nizarətdə saxlaması və eyni zamanda sivil toplum quruluşlarının güclü olaraq məmləkətin, ölkənin idarəliyində iştirakçılarının olması ilə. Gözəl. Keçirib bu bəhsdə qutardıq, çünki çox keçir fəlsəfiyə, elə bu qədər geçsin bizə o subjektiv baxmamız. Gedək əxlaqa. Sizin təşkilatın anlayışı əxlaq qavramında nədir? Əxlaq da yenə nisbi qavramdır. Əxlaq mənə görə əxlaqdır və mənim düşmənimə görə əxlaqsızlıq. Əxlaq mənə görə İran ölkəsinin, İran adının qabağında, qarşısında hər türlü mücadilə etmək əxlaq deməkdir. Milli əxlaq deməkdir. Amma Tehran hakimiyyətinin bu məsələyə baxışı demək ki, mənim əxlaqsız olduğumu, mənim xain olduğumu göstərməkdədir və mənim aradan qaldırmağımı istəməkdədir. Əxlaq nisbi bir qavramdır. Gözəl. Sizin təşkilat əxlaqa, əxlaq qavramında nələri anlırsınız? Sizin təşkilatınızda deyəndə filan şey əxlaqlıdır, əxlaqsızdır filan, nələri anlayırsınız? Yəni anlamınız nədir bunlarda? Yenə burada təşkilat dediniz, təşkilat təbii ki, əxlaq məsələsi ilə bağlı daha daralır, daha darıskal vəziyyətə gəlir. Bir var ki, toplumda əxlaq dediyimiz kimi nisbi şəkildə, bir vardır, daha doğrusu ki, bizdə ümumiyyətlə daha iki əsas əxlaq tərif olunur. Bir milli əxlaqdır, milli əxlaq gəlir. Milli əxlaq yönünə. Yəni bizim demək ki, partiyamızda
hər kəs ki bizim partiyamızın içindədir, bunun əxlaqsal həssasiyyətləri o qədər pak, təmiz, o qədər demək ki, hər bir çirklikdən, hər bir kirlikdən ayrı olmalıdır ki, bu özünü bizim milli yolumuzun yolcusu bilsin. Bu bir Mən başda şeydir. tapmadım. Yəni məsələn milli əxlaq nə demək olur? İndi fərz edin ha. Yəni bu sizin yəni partinin içinə aid deyil ki, bu milli əxlaq dediyiniz şey milli olmalıdır. Hamı bunun içində şey olmalıdır. Yox, belə bəs bunu bir qədər də özəlləşdirin. Demək ki, dedik ki, içimizdə, yəni qurtuluşun içində milli əxlaq nədir? Qurtuluşun içində milli əxlaq, milli mənfəətlərimizə, milli mənafeyimizə heç bir şəraitlə, heç bir demək ki, vəziyyətlə müxalifət etməmək. Ondan sonra bizim öz iç sırlarımızı eşiyə daşımamaq. Yəni bu təşkilat içində olan əxlaq məsələsinə dönür. Başqa təşkilatlara casusluq etməmək. Başqa müxalif qüvvələrlə təşkilatın xəbəri olmadan gedib bir yerdə oturub çay içməmək. Yəni, bildiniz, örnəklərimi verdim. Örnəklərim bunlardılar ki, demək ki, bizim proqramımıza, düzüyümüzə müxalif heç bir şeyə imza atmamaq. Heç bir şeyə imza atmamaq. Bunlar bizim içimizdə olan milli əxlaqlar sayılır. Amma toplum əxlaqlar da vardır yine bizim içimizdə. O da budur ki, bir qurtuluşçu hər şeydən öncə ailəsində demə, çox əxlaqlı, çox təmiz olmalıdır. Atadırsa, ata kimi olmalıdır. Anadırsa, ana kimi ana olmalıdır. Yəni, bizim mentalitlərimizə, bizim demək ki, ümumi milli əxlaqiyyatımıza bağlı olmaların hamısını riayət etməsi gərəkdir, lazımdır. Bu da bir toplumsal əxlaqda bir nümunə idi ki, verdim. Tamam. Təbii ki, bunları dəziz nə qədər desiniz, uzaqda bilirəm. Amma bilirəm suallarınız sorulur. Sağ olun. İstəmirəm. İndi bunu başqa cür sorsaq, indi təşkilat içi oldu. İndi bir də deyək ki, əxlaq qavramı, əxlaq təşkilatınız, yəni sizin təşkilatınız əxlaqı və əxlaqiyyatı necə tərif, yəni millətimizə necə, toplumumuza, millətimizə necə tərif edir? Yəni o bir toplumun təşkilatının içində oldu əxlaq, milli əxlaq. İndi milli əxlaq millətimiz üçün nədir? Millətimiz üçün milli əxlaq budur ki, Tehran hakimiyyətinə aid olan, baxın, belə, Tehran hakimiyyətinə aid olan əgər vergi verəcəksə, vergidən qaçsın. Bir sənə sərt gələcək bu işlər, amma bizim qaydalarımızda var gerçəkdən. Bizim, yəni, əgər Tehran demək ki, darayısına töküləcək hər hansı bir kuruşdan imtina etsin. Sonra, əgər burada bir dənə Təbriz mərkəzli bir içəcək varsa, bir dənə də Tehran mərkəzli bir içəcək varsa, çox kiçik belə şeydir, bunlar primitiv belə şeylərdilər, misallardılar, örnəklərdilər, verirəm biləsə. Hətta istəyirəm lap belə o toplumun dərinliklərinə varmış olaq deyə. Əgər iki dana eyni şəraitlərdə, eyni mövqeyyətdə, eyni qiymətdə, əgər iki dana demək ki, içəcək varsa, birisi Təbrizdə tolid olur, birisi Tehranda tolid olur, mütləqa Təbrizdəkini alması. Hətta əgər Tehranda yaşayır. Yəni beləsi. Əlbəttə. Deyirəm də,
primitiv misallar vururam ki, daha anlaşılsın. Çünki bu əxlaq məsələsi çox dərin məsələdir. Çox dərin məsələdir. Onu elə belə deyilmə. Ya məsələn deyirəm. Ya əgər bir dənə Təbriz voleybol takımı varsa, məsələn deyirəm, bir dənə Tehran Məşəd voleybol takımı varsa, bir Azərbaycanlı əgər Məşəddə yaşırsa, mütləqa Təbrizin şeyini tutsun. Bu bir əxlaqdır, milli əxlaqdır. Təbrizinkini tutmalıdır. Bizim bu günləri vardı. Süngür, mis futbolumuz var. Birisi Urmuda yaşırsa, əgər bunlar ikisi bir rəqib ilə, Fars rəqibi ilə bu birlikdə mücadilə edirsə, mübarizə edirsə, mütləqa Süngünün yanında olması lazımdır. Dediyim kimi, vergidən, indi bir tane gələk daha vergidən qaçış. Vergidən qaçış hər Azərbaycan türkü üçün bir əxlaq lüksdaş verir. Bunlar bilirsiniz, siz bu misallar vurursunuz, mənə çox cəlib gəlir. Bəzilər əxlaqı sadəcə fərdi iki nəfərin arasında olan bir davranış bilirlər. Siz isə bunu deyirsiniz ki, yox, böyük davranışlardır. Yəni, əxlaq bu deyil. Bizim budur ki, milli davranışlar. Sən türk malı alacaqsan, Fars malını almayacaqsan. Əlbəttə. Sən öz vətənində yaşayacaqsan, köçməyəcəksən. Sən türkü görəndə çox ehtiram eləyəcəksən, məsələn, çox hörmət qoyacaqsan, nə bilim, Farsa vergi verməyəcəksən, onun ekonomisini zəiflətməyə çalışacaqsan. Doğru. Hətta bizim demək ki, mənim buna gəlmirmi? Dövlət qurmaq yolunda çaba aparmaq. Əcəba bu da milli əxlaqdanmı? Əlbəttə ki, o da milli əxlaqdır. Niyə ki yox? Əxlaq çox böyük bir qavramdır. Çox böyük bir qavramdır. Ona görə də əxlaq subyektiv qavramdır. Yəni öznəl qavramdır. Əxlaqı sən gözlə görə bilməzsən. Əxlaqı deyə bilməzsən. Bax, bu əxlaqdır. Bax. Mənə siz göstərin, deyin ki, bu kitab əxlaqdır. Mən bir şey göstərə bilməsin. Məsələn, mən sizə... Bu nədir? Bu misalı bıraq. İndi bir yerdə bir dənə türk ilə bir kürt savaşır. Bir dənə türk ilə bir lor savaşır Qəşqayıstanda. Bir dənə türk ilə bir dənə Fars, məsələn, Giləkli savaşır. Burada biz hangi cibhədə dursaq əxlaqlıyıq? Əlbəttə, burada bax, birey məsələsi gəlincə ortaya, məsələ tamamilə dəyişir. Bax, ola bilsin ki, bir dənə türk gedibdir, bir dənə lorun ailəsinə yüz istəyirəm, təcavüz edibdir. Ailəsinə təcavüz edibdir. Və bunlar ikisi bir-biriyle savaşırlar. Mən də yoldan geçirəm. O türk gəlsə mənə qışqırsa ki, ay bala gəl bura, mən bunun üz istəyirəm ailəsinə təcavüz etmişəm, bu məni vurur. O cür bir şey olar, heç vaqiyyətdə o cür bir şey olar. Yəni, bu bir misal çox exaggerate elədiniz. Məmulən budur ki, yəni biz görürük xiyabanda savaşırlar, savaşmaqda heç birisi dəlil gətirmiş nəyə savaşıram. Mən kəndə dəlil gətirirlər. Amma biz görürük ki, iki nəfər orada savaşır, zəhmidir məsələn, ya xiyabandır, görürük ki, savaşırlar. Biri türkdür, biri lordur, biri türkdür, biri farsdır, biri türkdür, biri kürtdür, biri türkdür, biri ayrı bir şeydir. Burada bizim türk olaraq əxlaq bizə nə deyir? Sizə əxlaq burada demək ki, ilk öncə sizə hükmü verən sizin duyğunuz olur. Əxlaq olmur. Duygusallığınız olur. Duygusallıq sizə əlbəttə ki, elə bir hükm edir ki, mütləqa türkün yanındadır və o bizin qarşısındadır. Heç siz soruşmusunuz burada soruşmusunuz ki, balam, niyə bu oldu? Təbii ki, ondan sonra, soruşandan sonra ki, daha doğrusu burada günah türkündür. Siz eləyə bilərsiniz ki, yine türkün yanında dayanasınız? Yox. Heç vaxt bilinməyəcəkdir ki, dedik bu, indi günah da bir nisbi məsələdir. Mümkündür, məsələn deyirəm, mən birinin qızına aşiqəm, o da mənə aşiqdir, dədəsi müxalifdir. İndi burada günah kimdədir? Günah dədəsindədir.
Tamam. Bizim bağış İndi bəs görürsünüz, yəni günah bir nisbi bir şeydir. Yəni biz burada eləyə bilmərik ki, bundan deyək. Amma siz gördünüz, mən gəlirəm, gördüm ki, cənabınıza bir su etli vurur. Bir yaxşı. də türküdən qışqırsa, ədə bir türkü vururlar, eviniz yıkılmasa 10 nəfər tökülüb məni döyür. Məsələn, su etli olmaz ha normalda. Amma bunu misal vururam ki, insanlarımız bilsin. İndi burada mən dəlil axtarmalıyam, sizdən himayət eləyəm, yoxsa mənim milli duyğularım ortaya çıxmalıdır. Deməlidir ki, bu türkdür, bunun yanında duracağım, sonra məhkəmə bir ayrı bir şey. Baxın, bir İndi dənə mən qoymayacağam səni öldürərlər, sənin burada təhs alalar falan eləyərək, mən sənin yanında, bunu nədir görürsün? Yəni, sən biləm ki, bu da milli əxlaq hesab olur mu? qoyma öldürsünlər onu. Amma sən qoyma öldürsünlər onu. Amma bəlli deyil, suç kimdə, günah kimdə, günahsız kimdir? Birinin qabağında qarşısındadır, o birisini öldürmə. O Yox, birisini indi öldürmə. öldürmək deyil. Baxın, məsələn, misal eləcəm də qeydim misala. Qəşqayistanda gördük, ya şeydə gördük, Urmiyədə gördük ki, Türklər həmlə ediblər bir dənə kənddə, adamları öldürürlər. Deyirlər ki, bu Tamam. torpaq mənimdir. Ya O gördük, lordlar həmlə ediblər Qəşqayistanda bir yerə. İndi burada, mən də orada maşınla geçirəm, gördüm ki, orada türkü vururlar, Türklər qışqırır ki, ay dad, ay bidat. İndi mən orada durum gedib dəlil axtarım ki, kim burada düz gedir, yer kimindir, yoxsa deyim ki, burada bir türkü vururlar, mən burada türkün yanında durmalıyam. O sənin duyğularına aid olan bir şeydir. Mən onu demək ki, əxlaq, milli əxlaq kimi düşünmürəm. Mən bayaqlar dediyim, bilirsiniz, Azərbaycan mərkəzli türkçü düşüncədə milli əxlaq mənim orada bir böyük bölümdür. Milli əxlaq nədir? Bir bölümdür. Burada vardı. Yəni gətirib onun üzündən də oxuya bilirəm. Milli əxlaq nədir? Və gəlmişəm demək ki, orada məsələni çox üstün tutmuşam. Yəni bu ki, Fars dövləti ilə Türk millətinin arasında olan mücadilənin, mübarizənin gizli yönləri nədir? Gizli yönləri budur ki, demək ki, Gizli yönlərinə nə deyirsiniz? Gizli yönlərinə nə deyirsiniz? yönlər. Gizli yönlərdə, deyirsiniz? təbii ki, milli əxlaqın gizli yönləri. Aha. Milli əxlaqın gizli yönləri nədir? Orada mən açmışam məsələni və elə bir dənə nümunəsini də gətirmişəm ki, ola bilsin ki, mənim bu sözüm bəzilərinin xoşuna gəlməyə, amma bir türk, bir vətənpərvər türk, bir demək ki, Azərbaycan türkü öz mübarizəsinin yolunda bu rejimin xəzanəsinə maliyyət və vergi verməməlidir. Bu bir milli əxlaqdır. Milli əxlaq. Siz indi ondan tutun ta bəs ki, Tamam, bunu indi genişləndirin. mən yenə burada bunu soruşuram. Acaba Türklərdən tərəfdarlığı hətta qanunda qeyri-qanuni görünsə milli əxlaqa girirmi? Milli duyğu. Milli duyğu özdə çox duyğunun arasında, əxlaqla duyğunun arasında nə fərq görürsünüz? böyük. Əxlaq demək ki, bir şeyin, nəsnəl deyirəm, yəni şey deyirəm, gözə görən bir şeyin görünməsindən sonra onun üzərində qəzavəti etmək. Əxlaq burada. Amma duyğu o şeyi görmədən ancaq milli dostdur, qardaşdır, bax qardaşdır, bacıdır, ondan sonra vətəndaşdır, dildaşdır, soydaşdır. Bax bunlar hamısı demək ki, ilk etapda əgər hücum vaqiəsi olur, bu əxlaq deyil. Bu duyğudur, milli duyğudur. Tamam. İndi sizin bu şeydən məlum oldu mənə, amma sual soruşdum ki, burada yazıda yazılsın, kitabda yazılsın. Sizin təşkilat əxlaq deyə bir varlığa və əxlaqiyyat deyə bir varlığa inanırmı? Mütləq inanır. Mütləq inanır. Təbii ki. İnanmasıq belə biz milli deyirik. Tamam. Onda nələr əxlaqdır? Nələr əxlaqdır? Demək ki, əxlaq
bayaq da dediyim kimi birey əxlaqdır, bir də ki, milli əxlaqdır. Milli əxlaqlar bizim mübarizə, mücadilə yolumuzda əlimizdən gələn indi istərsə toplumsal qanunsuzluq. Bax, toplumsal qanunsuzluq, mədəni qanunsuzluq. İstərsə daha toplumsal qanunlu qarşı durma. İstərsə son zaman, son vaxtlar ehtiyacımız ola əlimizdən, daha doğrusu belə mədəni şəkildə haqqımızı alma gəlməyə əlimizə silah götürmə. Bunlar nədirlər? İstərsə bizim vətənimizi, bizim torpağımızı göz dikib işğal edənlərə qarşı mücadilə, mübarizə etmək. Hər hansı tipdə olursa olsun. Bunlar milli əxlaqlardırlar. Milli əxlaqdan əmələ gəlir. Yəni, milli əxlaqı olmayan birisinin bunlardan da heç bir xəbəri olmaz. Bizim zaten istər-istəməz ən önəmli tərəflərimizdən birisi budur. Məsələn biz deyirik ki, milli əxlaqlıq nədir? Türklərin əslində dövlət təşkil etməsindən sonraki ən böyük milli əxlaqiyyətləri xalqçılıqdır. Yəni, türk olmayan orada başqa xalqları da yaşatmaq. Türk olmayan orada başqa xalqların da haqlarını, hüquqlarını onlara əsirgəməmək. Bu əxlaq... Bunu da soruşum cənabızdan. Onda bunu da soruşum. Türkçülük əxlaqlıqdırmı? Türklük tamamilə bir əxlaq yükümlü. Əxlaq yükümlü bir ideolojiyadır. Tamam. Türkçülük deyilsiniz ha. Türklük yox. Türkçülük. Tamamen. Bir əxlaq yükümlü bir ideolojiyadır. Milli ideolojiya. Siz bir şey buyururdunuz, mən girdim ortaya. Çox bağışlayın. Buyurun. Yox. Siz buyurunuz. Tamam. Mən elə... Onda nələr əxlaq deyil? Yəni, indi əxlaqları bildik. Hər o şey ki, iki mərhələyə böldünüz. İşğal dövründə hər o şey ki, bizi işğaldan qutara, hər o davranış, fərdi davranış yoxsa milli davranış, toplumsal davranış. Onları siz əxlaq təriflədiniz. Çox sevdim bunu. Sevdim. Bir də buyurdunuz ki, işğaldan sonra da azad olduq, dövlətimiz oldu. Ondan da sonra xalqçılıq, yəni millətimizə xidmət eləmək. Hər nə şey ki, bahis ola millətimiz güclənə, rifahlana, milli əxlaqı. Buna əxlaq buyurdunuz. Tamam, gözəl. Bunu sevdim. İndi nələr əxlaq deyil? Cənab-ı Ağay Pezeşkiyanın bu günlərə həvəsi əxlaqsızlıqdır. İndi mənə cərimə gələcəksə, bilsin, gəlsin, ad verdim. Cərimə gələcəkdir, getməyim. Getməyim. Yəni, bu günləri bir dənə cəriməni aldınız. Siz yendiniz, milli ərdəmlikdən gəldiniz ərdəmliyə, getməyin ora. Özünüzü açıqlayın. Yox, burada bilirsiniz, fərqli deyil. Məsələ fərqlilik deyil. Yox, fərqli danışmayın da. Bayaqdan düşüncələri danışırdıq, bizim düşüncə danışırıq. Yəni, belə günləri eyqanda... Mən Pezeşkiyanı hardan tapıb, dəvət eləyib gəlsin bura. Difa eləsin özündən. O, əslən, bizim nə ona ehtiyacımız var, dəvətə, nə filana. Bu günləri bir oyun oynanır. Azərbaycan Türk millətinə qarşı bir oyun oynanır. Elədir mi? O oyunun adı seçimlər. Elə gələ bunu teorik danışır da, ad səhmədən danışaq. Tamam. O seçkidə iştirak edən, şirkət edən hər Azərbaycan Türkü olursa olsun, nəfsinə yönəlik, nəfsinə yenik, ondan sonra hakimiyyətə yenik, diktatorluğa yenik, ondan sonra daha doğrusu rejimin o ideolojiyasına yenik sistemdə, əsasda millətimizin tərəfindən, millətimizin adı ilə gedib oraya aday olmaq özü əxlaqsızlıq, milli əxlaqsızlıq. Bundan da böyük də nə ola bilər? Mən indi açıqcasına, siz təsəvvür eləyin, bir dənə Təbrizli, yenə deyirəm, Təbrizdə holdinglər var, çoxlu holdinglər var Təbrizdə. Bu holdinglərin daha doğrusu imkanları da var, şəraitləri də var, paraları da, pulları da var. Yoxdur deyil, çox böyük. İndi
bunların bir iddiası gedib Tehranda nə mənədir, Seguluları vurubdu. Bilirsiniz onu. Onları bir Azərbaycanlı vurubdu. Holding sahibidir. Gedib vurubdu. Bu bir əxlaqsızlıqdır. Milli əxlaqsızlıq demək Baxın, olur. baxın, çox gözəl bu misalları niyə aparıq adamlara haram eləyək bu misalları? Əgər hər bir iqtisadi işimiz farsların nəfqinə, İran hakimiyyətinin xeyrinə tamam olsa, əxlaqsızlıqdır. Qutuldu ki, Yəni, çox gözəl. Yəni, o bax, iqtisadi işlərimiz farsların mənfəətinə olsa, türklərin zərərinə olsa, bu əxlaqsızlıq. əxlaqsızlıq. Siyasi işlərimizdə İran, Fars güclənsə, biz zəiflənsək, əxlaqsızlıqdır. Əgər ki də hakimiyyətə məşruiyyət verək, rəy verək, özümüzün Əxlaqsızlıqdır. məşruiyyətimizi səlb eləyək, əxlaqsızlıqdır. Əxlaqsızlıqdır. Baxın, Yəni, əslində bunu ehtiyat yoxdur adamların adını gətirək. Çox da gözəl olur beləsi. söhbət ondan getmir. Adam burada, adam məsələsi deyil. Burada sistem məsələsi gəlir ortaya. Biz o adamla nə rəqib nə o adamla rəqib olacaq bundan sonra da. O sistemdir ki, demək ki, nədir? O adamları öz içine alıbdır və onları bizim əleyhimizə kullanır. Tamam. Millətimizin Biz əleyhinə. indi burada nə etməliyik? Biz burada çox gözəlcə şey qoyuruq, metraj qoyuruq, ölçürük. Baxın, mən niyə deyirəm ki, nə cür ölçürük? Çünki bu ölçüləri gətirəndə ki, ağa, sən əgər fars malı alırsan, əxlaqsız rəftar edirsən. Əxlaqsızsan. Sən əgər farslara köməklik edirsən, düşüncələrinə, kitabını alırsan, ruznaməsini alırsan, kanal televizyonunu açırsan, sən əxlaqsızlıq edirsən. Baxın, bunları deyəndə insanlarımız bilir ki, amma məsələn gəlib bir adamın adını çəkəndə mütəəssifanə mən yaraşıq görmürəm, da düşüncə görmürəm onu. Mən dediyim kimi, o şəxsin adını çəkməkdə bir sistemin adını çəkir. Tabii ki. Ancaq çünki mənim ondan nə alım var, nə verim vardı. Yəni onun demək ki, nə onun haqqında nə əxlaqsal söz danışdığım, Allah eləməsin, nə ailəsinə, nə özünə heç cürə toxunmadım ki. Amma adam çəkdiyiniz üçün bir nömrə mənfi aldınız da, yəni. Yox, mən təbii ki, olsun, siz nə cür məsləhət görürsünüz, olsun. Amma mən kimsənin həyatımda ən belə məni sevməyən insanın, mən sevmədiyim insanın ailəsinə, ətrafına heç cürə yadıma gəlmir ki, zərrə ucu qədər demək ki, ədəbsiz deyil. Amma indi buradan çıxaq. O gözəl bəhs başlamışdıq. Əxlaqsızlıq nələrdir? Çox gözəl idi. Bu nümunələr insanlara deyir ki, əxlaq nədir? Əxlaqsızlıq nədir? Bu əxlaqsızlıqlardan biraz deyək, insanlarımız bilsin. Mən bilim heç olmasa, insanlarımız bəlkə bilirlər, mən bilim. Zaten dediyimiz kimi, məsələn, əxlaqsızlıq nə deməkdir? Bizim bu günləri hər bölgəmizdə demək ki, təfrih yerləri vardır. İnsanlarımız gedirlər, həftə sonları uşaqlarına aparırlar orada, parklarda filan da, beymanda. Yəni bunlar da vardır. Gedəsən bir insan tapıla, gedə demək ki, oranın təsisatını oddiyə təsisat. Bu nədir? Əxlaqsızlıqdır. Heç kim də bunu bilməsə, özü bilir, bu əxlaqsız hərəkət edibdir. Əxlaqsızlıq. Həm qanunsuzluq, həm əxlaqsızlıq eyni zamanda. Məsələn deyirəm, birisi gəlir, daha doğrusu belə qısa deyək, verək. Məsələn, Azərbaycanda İranın, türklərin torpaqlarında İranın və farsların polis idarələri var, baskı idarələri var. Bunların şüşələrini sındırmaq, özlərini vurmaq filan, bunlar əxlaqsızlıqdır, əxlaqlılıqdır. Yox, bu demək ki, necə deyim, belə deyək ki, əgər o bir şeydə, bir demək ki, şəraitdə, o ağır şəraitdə ki, hücum gəlibdir, o polisin tərəfindən hücum gəlibdir millətimizə, millətimizin qarşısına hücum gəlibdir. Millətimizin demək ki, onun şüşəsini sındırma, onun polisinin tüfəngini alma,
onun demək olar ki, girib hətta idarəsini oturması özü tam olaraq bir milli əxlaqiyyata dayanır. Milli əxlaqiyyata dayanır. Bunu kimsə gəlib deyə bilməz ki, niyə sən elədin? Axı o mənə hücum elədi. Axı o mənim demək olar ki, kimliyimə, varlığıma, İndi bir ayrı vücuduma, misal verin. Bir ayrı misal verin. Urmuc Gölü quruyur və mən onun yaxınlığında yaşıram. Kətlər var, onun dövrəsində kətlər var. Amma mən durub gedib oradan film götürüb göstərmirəm ki, mənim yaxınımda olan bölgədə Urmuc Gölünün vəzi nədir? Bu əxlaqlıdır, əxlaqsızdır. Nə əxlaqsızlıqdır, nə əxlaqdır. O demək olar ki, öz millətinə, öz çevrəsinə, öz yaşadığı yerə, daha doğrusu, nə cür deyim, biganə qalmaqdır, biganə qalmaq. Əxlaqsız demək olmaz ona. Çünki əxlaq başqa türlü. Amma məsələn deyirəm, gəlibdir, belə deyək, bir dənə Urmuc Gölünün bir qismətində bir dənə su vardı. Gətiribdir oradan tulumba qoya, onun suyunu çəkə, apara məsələn özü işlədə, ya məsələn Onda mən onu qəbul eləmirəm. Məsələn, onda şirkət filan ki, dövlətə pul verir, həmin Urmunun çayında kanal qoyub özünə aparır ora, özü də deyir bizə törmüş olur. O da var. Amma bizim bir dənə kətdir. Mümkündür sübdən axşama 50 kilo, 50 metr müşəb su çəkə. 50 metr müşəb, əsən 100 dənə 50 metr müşəb səhsələr bir də hesab eləməz bizim o top Urmuc Gölünə. Bizim əkinçilərimizi müqəssir tutmaq bir şeydir. İstillər onların boynuna salır. Bir də bu ki, gündə məsələn deyirəm, 500 min metr mükəb suyu verir filan Soğundur kərxanasına, ya verir filan Şuşa kərxanasına, ya Qızıl kərxanasına. Yox, bunları bir-biriyle müqayisə eləmək doğru deyil ki. O bizim millətimizə qarşı böyük cinayətdir. Millətimizə qarşı böyük dövlət cinayətidir. O bambaşqa bir məsələdir. Mənim dediyim bambaşqa məsələdir. Demək ki, birisi dediyim kimi bir baləcənə su alıbdır. Adamın da heç ehtiyacı yoxdur buna. Amma gəlib oradan götürübdür, bir daha şilanq çəkibdir, o tökür o tərəfə. Bu bir əxlaqsızlıqdır. Niyə? Nə üçün bu işi görürsən sən? Nə dərdindir sənin bu işi görürsən? Bəllidir ki, bu adamda milli əxlaq yoxdur. Kim olursa olsun. Amma sənin dediyin o. Burada görürük ki, məsələn, ağaçlarımızı kəsirlər, aparırlar. Bunu yolda görən adam, ya məsələn, Ermənistana silah daşırlar. Baxın, bunlar o nümunələrdən daha vururam. Məsələn, vətəndaş deyir ki, mən bunu götürürəm, əksini salıram, ya videosunu salıram, qoyuram ora. İnsanlar bilsin ki, mənim vətənimə xiyanət olur. Millətimə xiyanət olur. Milli mənafeyimizə xiyanətdir. Bu əxlaqdır ya yox? Əxlaqdır. Təbii ki, əxlaqdır. Əlbəttə ki, əxlaqdır. Amma onun tam tərsi də vardır. Bir dənə fabrikadır, Arazın qırağında. Ermənistana aid deyil, Azərbaycana aiddir. Tamam, onun hesabını gətirib Araz gölünə tökmək, Araz çayına tökmək əxlaqsızlıqdır. Həm də cinayətdir. Yəni ölçüsü çox böyükdür. Belə götürmək olur. Yəni hər şey ki bizim milli mənfəətlərimizə, milli mənafeyimizə, milli kimliyimizə, milli mənliyimizə, milli savaşımıza hayqırı hərəkətlərdir. Bunlar öz içimizdən olsa əxlaqsızlıqdır, öz içimizdən olsa əxlaqsızlıq, düşmən tərəfindən gələrsə, demək ki, savaş cinayətidir. Ya bu qədər. Tamam, gözəl. Və hər nə ki bizim milli mənafeyimizin xeyrinə olursa əxlaqlıqdır. Yəni o qədər. Bu qədər mən baxın, çünki bir tərif çıxdı. Çox gözəl tərif çıxdı. Bəli. İndi cənabız və təşkilat əxlaq qavramın bireysel bilirsiniz, yoxla toplumsal bilirsiniz? Əxlaq həm bireysəldir, həm toplumsaldır. Əxlaqsızlıq həm bireysel, həm də toplumsal ola bilər. Ancaq bunların borcuları da bir-birindən çox fərqlidir.
Tərazları da bir-birindən çox fərqlidir, yəni ölçüləri bir-birindən çox fərqlidir. Bunu da demək ki, nəzərə almaq lazımdır. Ki dediyim kimi, məsələn deyirəm, mən deyəndə ki, millətimiz şeydən qaçın, pasların demək ki, verməkdən qaçın, paslara vergi verməkdən qaçın. Mən bunu deyəndə bu toplumsal bir işdir. Amma fərdilərə aiddir. Fərdilərin üzərində bu şey. Bir dənə məsələn deyirəm, işçi, bir dənə sadə işçi heç bir zaman eləyə bilməz ki, mənim bu dediyimi əməl eləsin. Çünki vergi arzusu verisi əlində deyil ki. Onun vergi vermə demək ki, sistemi ona maaş verənin əlindədir. O maaş verəndir ki, daha doğrusu... Amma məsələn, İdarələrin, məsələn, su idarəsidir, bərq idarəsidir, qaz idarəsidir, telefon idarəsidir, nə bilim, bu tür idarələrə ki, bizdən pul alırlar, onu eləyə bilər verməsin. Milli olaraq, toplum olaraq verməsək, o şirkət vərşikət düşər. Yəni, o bir sənə... Üçünləşərlər. İndi biz o mərhələyə gəlib çatmamışıq da. O mərhələyə gəlib çatınca, yəni o demək olar ki, devrim mərhələsidir. O artıq daha doğrusu elə bir mərhələyə gəlib çatmışıq ki, qurtuluşumuzun... Yəni, cənabınız onda əxlaqı bölürsünüz, Yox, bölmürəm. Farsda desək, pişa devrim, yəni, inqilab öncəsi, inqilab dövrəsi əxlaqlar. Belə işlədirsiniz. Yox, əsla onu bölmürəm. Mən deyirəm ki, əməli şəkildə bunu nə zaman yerinə yetirə bilər millətimiz? Məsələn, biz demək ki, düşüncə yayılsa millətdə 57 inqilabın görmüşük da, yaşamışıq da, 57 inqilabın yaşamışıq. Və 57 inqilabın son aylarında artıq vergi verən, artıq maliyyət verən, artıq hətta iş verən, iş alan filan beyman yox idi. Hər şey qarışmışdı bir-birinə. Nə dövlət var idi, nə millət var idi. Yəni, bax, o zamana gəlib çatınca millətimiz mütləqa bu əxlaqiyyatını ortaya qoyacaqdır. Nə? Mən demək ki, bu günləri, bax, onun qabağında qarşısında bu. Mən vergi verməkdən qaçdım, amma o vergi haqqımı milli savaşımın mübarizlərinə, onların yoluna verirəm. Bax, mərhələyə gəlib çatınca. Demək ki, əxlaq və əxlaqsızlıq məsələsi... Düşüncə olaraq insanlara bunu deyək ki, düşüncə olaraq. Siz əgər qaz işlədirsiniz, bərq işlədirsiniz, telefon işlədirsiniz, nə bilim, filan bəhman, onların pulunu verməyin, onların pulu milli hərəkətə verin. Bu bir dənə yoldur. Onu vermə, bunu bura ver. O yeni əxlaq sistemi yaratmaqdır əslində. O sistemi gərək danışaq yayaq. Yoxsa mən bilməyəndən sonra, o bilməyəndən sonra nə əxlaqdır, nə əxlaq deyil. Adamlara deyirsən, əxlaq deyir ki, yalan demək əxlaqdır, yalan deməmək əxlaq deyil, münafiqdir. Bunlardan sonra bir şey bilmirlər, Onlar yüz istəyirəm deyəndə, yəni mallaların bizə gətirdiyi nəqllər. Onlar heç. Ancaq əslində bu dediyimdə gerçəklik ölçüsü o zaman olur ki, artıq daha antigonistli halət gəlibdir ortaya. Yəni savaşda düyün başı yox, qəyət başı yox. Millətimiz o zamandır ki, dediyim kimi, ondan payını kəsib və millətinə verməsi lazımdır. Bu da demək lazımdır əlbəttə. Amma indi bu günlər bunlar fərziyyədirlər. Bunlar danışırıq da, söhbət edirik. Təbii ki. Yox, biz tərif edirik. Fərziyyə bir şeydir. Biz tərif edirik ki, əxlaq bunlardan ibarətdir. Yəni, cənabınız tərif edirsiniz, sizin parti tərif edir ki, mən dediyim əxlaq budur, əxlaqsızlıq da budur. Bunu sizin tərəfdarlarınız, bizim millətimiz bilir. Deyir, mən bu adamı sevdim, bu təşkilatın düşüncəsini sevdim. Mən bu düşüncə üzündə yaşayacağım. Əxlaqlı yaşamaq budur ki, dövlətimi qurmaq üçün çalışdım. Bax, bu bir şeydir, teoridir. Bunu bilməsəm mən. Bir də mən bilmədim, Həsən də bilmədi, Hüseyin də bilmədi. Tamam, nəcür çalışacaq? Yəni, mən deyəcəm, əxlaq mallar dediğidir da. Ya farslılar dediğidir. İrançılıqdır. Tamam. İndi sizin nəzərinizdən, partinin nəzərindən əxlaqlı biri
və əxlaqlı toplum varmı və nə deməkdir? Əxlaqlı biri və əxlaqlı toplum varmı? Toplumda həm əxlaq var, həm qeyri-əxlaqliyyət var. Toplumu əxlaqlı topluma və əxlaqsız topluma çevirmək mümkün deyil, olmaz. Məsələn, biz deyək ki, çünki biz bu günləri işğal altındayıq və bizi işğal edən də Fars dövlətidir. Fars toplumu əxlaqsızdır. Bunu deyə bilmərik. Bunu deyə bilmərik. Çünki biz bunu deyirsək, demək ki, yəni daha doğrusu bizi düşmənimiz Fars şovinizmidir, Fars faşizmidir. Bununla bütün Fars millətini, xalqını birləşdirmişik və bir arada məni etmişik ki, doğru deyil, düzgün deyil. Əgər bunu ayrı cür desək ki, hər o Fars və Türk və Ərəb və Bəluti ki, Azərbaycanın işğalının davamına meyilli olursalar, qeyri-əxlaqi insandılar necə? Mən düşmən deyirəm, düşməndilər. Əxlaq bir toplumun içində olan mülahizələrə qayıdır. Amma düşmən dediyim bu. Məsələn, Fars faşizminin bütün teorisyenləri, İrancı teorisyenləri, panfarsist teorisyenləri demək ki, mənim düşmənimdirlər, millətimin düşmənidirlər. Ondan sonra mənim Batı Azərbaycanımın torpaqlarına göz dikən terrorçular mənşəyindən, kimsəliyindən asılı olmayaraq mənim düşmənim sayılırlar. Mənim düşmənim. Bu əxlaqsız, bu düşmənçilikdir. Biz bütün düşmənçilikdir. Anladım, anladım. İndi sizin partidə mütləq əxlaq deyə bir şey var, inanırsınız? Yox, heç bir şey yox. Mütləq bir şey ola bilməz. Mütləq deyə yoxdur, yoxsa əslində? Mütləq əxlaq əslən yox bir şey. Mütləq əxlaq yoxdur ki, hələ bizim partiyaya gəlsin, girsin. Nisbidir. Nisbi. Nisbi? Nisbi, hər şey. Hər şey nisbi. Əxlaqı olmağı, əxlaqi yaşamanı nələr pozar? Əxlaqı olmağı, əxlaqı yaşamağı nələr pozar? Yoxsulluq, korrupsiya, rant, ekonomi çöküş, aclıq, işsizlik, milli haqlarından məhrumiyyət və daha doğrusu politikal, ekonomi və kültürel əngəlləri bir millətə aşılamaq hissləri. Təxmin eləmək, aşılamaq, tamam. İşğal, əslində işğal. İşğal metodları. Tamam, gözəl oldu, çox gözəl, mən də bunu da sevdim. Əxlaq qavramı önəmli qavram mıdır? Çox önəmli. Çox önəmli. Əxlaq hər toplumun içində olan, onun gələnəyindən, onun görənəyindən, onun demək ki, tarixindən, onun dərinliklərindən gələn üzə çıxan şeydir, aynadır, görüntüdür, əxlaq. Məsələn, Ələvilərin bir səma rəqsçiləri var. Düzdür? Ələvi əxlaqiyyatının aynasıdır. Doğru mu? Bizim qəhrəmanlığımızdan, yiğitliyimizdən gələn bir şey varımızdır, rəqs varımızdır. Adı indi Qafqaz rəqsi, ondan sonra tərəkkəmə növündə şey də deyilir, lezgi də deyilir. Düzdür? Bu Azərbaycanda milli rəqslərimizdən birisidir. Bu Azərbaycanın igidlik əxlaqiyyatının bir timsalıdır.
bizim gözümüzün qabağında. Bəli. Bizim qadınlarımızın demək ki, teyzə, xala, ondan sonra ana yaşlarına gəlib çatanda başlarına mütləqa bir ləçək taxarlar. Mütləqa bir ləçək taxarlar başlarına. Bilirsiniz, bu İslama filana behmana aid deyil. Bu bizim köklərimizdən gələn bir adət, bir ənənədir. Bu onun böyüklüyünü göstərir. O çevrəsində onun böyüklüyünü göstərir, ululuğunu göstərir. Bu bir əxlaq örnəyidir bizim toplumumuzda. Nə gözəldirlər bunlar, nə gözəldirlər. Yəni bunların hər birisində bir örnəklik vardır. Bunlar hamısı toplum əxlaqları sayılır. Çox Bilmirəm, bu bölümü tartıq. Mən bu bölümü sevdim. Bu günləri əslində çox hazır gəlmişsiniz. Yəni bu günləri ciddən taza fikirlər ortaya çıxdı. Taza örnəklər çıxdı. Çox gözəl. Siz məni almışsınız dalınca, çəkirsiniz. Mən də gəlirəm sizin dalınca. Sağ olun. Yavaş gəlirəm. Ciddi bu günləri sizin danışıqlarınız düşüncə yaradır. Yəni çox gözəl. Çünki düşüncə alanında danışırıq. Bəli. Yəni burada hamısı tərifdir də, hamısı insan tərifdir. Mühüm də budur, budur. Yəni indi məsələn mən əxlaqdan insafən taza bir düşüncələrə yetişdim. Özümü deyirəm. Mən heç kəsi qəzavət eləmirəm. Mən taza bir düşüncələrə yetişirəm. Yavaş-yavaş ki, əxlaq nədir? Təbii. Yaşam tərzidir, həm də milli yaşam tərzidir. Yəni bu çox cəlib bir şeydir. İndi keçirik, bu bəhsi qurtardıq. Buradan da əxlaq fikrim yetərlidir. Gedək hakimiyyət və demokrasi bəhsinə. Çox istəyirəm. Dünyanın heç bir mən bildiyim qədərilə əlbəttə, heç bir toplumunda demək ki, elçi getmə, elçilik bizim qədər müqəddəs deyil. Bilirsiniz, siz 20 il bir oğlan, bir qızla dost ola bilər. Bir yerdə yaşaya bilər. Hər şeylə paylaşa bilərlər. Hər bir şeylə. Amma istəsələr evlənsinlər, mütləqa oğlanın evi, qızın evinə elçi gedib və bunu istəməlidir. Halbuki bunların ikisinin də heç birinin buna ehtiyacı yox. 20 ildir bir yerdə yaşırlar. Amma o adət, ənənəni, o demək ki, gələnəyimizi yerinə yetirmək üçün, o əxlaqiyyatımızı yerinə yetirmək üçün mütləqa bu işi nə edirlər? Görürlər. Böyüklərə bir hörmətdir da. Əslində böyüklərə bir hörmətdir. O hörməti bizdə əxlaqiyyatımızdır bunlar bizim. Milli əxlaqiyyatımız. Müqavimət bizim milli əxlaqiyyatımız. Bilirsiniz? Bu qədər. Çox sağ olun. Getək buradan hakimiyyət və demokrasi bölümünə. Sizin təşkilatın baxışına əsasən hakimiyyət nə deməkdir? Hakimiyyət nə deməkdir? Demək ki, hakimiyyət nə deməkdir? Hakimiyyət hökumətin idarəçiliyi deməkdir. Hakimiyyət hökumətin idarəçiliyi deməkdir. Hökumət nədir? Hökumət nədir? Hökumət demək ki, hakimiyyətin necə deyim? O genel anlamında olan bəziləri hökuməti dövlət adlandırırlar, bəziləri dövlətin demək ki, hakimiyyətini hökumət adlandırırlar. Bir-biriyle fərqlidirlər bunlar. Siz nə görürsünüz? Bir balacını açaq bunu. Amma baxın, məsələn deyirəm, İranda dövlət hakimiyyətdir. Halbuki İranda dövlətə hakimiyyət deyirlər, məncəniz budur. Halbuki Azərbaycanda və Türkiyədə
ve bütün dünyanın demokrasilarında dövlət anadır. Dövlət müəssisədir. Sistem. Dövlət millətin əli ilə alınmış, istiqlaliyyətindən alınmış bir müəssisədir. Müəssisə. O müəssisənin kiraçısı hökumətdir, hakimiyyətdir. 4 il, 6 il, hər neçə il, 5 il ki, hökumət edir. Kiraçı. O millətin, o dövlətin kiraçı. Biz bunu tərif edirik. Nəinki İranın hakimiyyətini. İranda dövlət dəyişər, amma vilayət fərqi dəyişməz. Hakimiyyət qalır. Kimdir? Hakimiyyət əsli 110'dur. Hakimiyyət vilayət mütləqdir. Hakimiyyət Cumhur İslamidir. Çünki biz dünyanı tərif edirik. Ona dedim ki, bunu bir işıqlıq gətirim ki, Gülaq hardan gedirik da biz işə. Demək. Şimdi, onda mən sualı çevirim. Bəli. Çünki mən sualları İran düşüncə əsasında yazmışam. Sualları çevirim. Sizin təşkilatın baxışına əsasən dövlət nə deməkdir? Tamam. Dövlət istiqlaliyyətdən ortaya gələn bir hüquqsal, qanunsal və kütləsəl bir müəssisənin adıdır. Bu müəssisə dövlət adlanır. Dövlət bir Millətin iradəsi ilə yaranan bir sistem əslində, müəssisəsiz buyurdur. Həman sistem mənzuruzdur. Sistem, baxın, sistem dəyişər. Eləmi? Sistem güncəlləşər. Sistem, amma dövlət bir varlıqdır. Milli varlığın demək ki, ortaya qoyduğu təcəlli dövlət deməkdir. Yəni, özü zehinsəldir da, bu eşlikdə yoxdur əslində. Niyə var? Zehinsəl deyil. Çünki eşlikdəki dövlətdir da, eşlikdəki öz istəyəm, hakimiyyətdir biz gördüyümüzdə, dövləti görmürük ki. Niyə? Dövlətin müəssisəsini görürsənsə, məsələn deyirəm, dövlətdə demək ki, şeylər vardır, parlamenti vardır. Dövlətdə prezident aparatı vardır. Dövlətdə hüquq sistemləri var, qanun sistemləri vardır. Dövlətdə nazirlər kabineti vardır. Dövlətdə hər şey vardır. Dövlət yerindədir. Amma hakimiyyətlər bunu dəyişkən 4-dən 4-ilə, 5-dən 5-ilə dəyişənlərə hakimiyyət, qalanlara dövlət. Amma məsələn, anayasa, ordu, silahlı güclər, qanunlar, bunlar dövlətdir. Dövlət bunların hamısı. Tamam. Sizin təşkilatın baxışına görə milli dövlət önəmlidir, yoxsa demokrasi, yoxsa azadlıq önəmlidir? Bu 3 danadan hangisi önəmlidir? Milli dövlət hər şeyin üstündə. Milli dövlət onların hamısının anasıdır. Yəni bunlar bir-birindən demək olar ki, bərabər bir şeylər deyirlər ki. Mən məsələn gələn deyəm ki, demək ki, mənim azadlığım olsun, amma milli dövlətim olmasın deyə. Milli dövlət hər şeyin üstündə dayanır. İndi bir dənə sual soruşum burada. Burada yazılarda yoxdur, zehnimə gəldi. Millət etiraz edib hakimiyyəti yıxa bilər. Ətəba dövləti də yıxa bilərmi? Məsələn, Paşinyanın əleyhinə ki, hakimiyyətdir Paşinyan. Ermənistanda ermənilər rəhbərlik edirlər, etiraz edirlər. Ehtimalən də yıxarlar. Bu ehtimal verək da. Amma əcəba ermənilik dövlətində yıxarlarmı? Paşinyanı yıxırlar ki, dövləti saxlasınlar. Çünki onlar etiqadları budur ki, Paşinyan bu dövləti yıxır. Biz Paşinyanı yıxmalıyıq ki, dövlət qalsın. Çünki dövlət bizim varlığımız. Hakimiyyəti yıxmalıyıq ki, dövlət qalsın. Sağ ol. Hakimiyyəti yıxırıq əgər hakimiyyət öz meyli ilə, öz demək ki, cəvhəri ilə dövləti tapşıra yeni bir hakimiyyətə getsin növbəti yerdə, növbəti zamanlarda qalsın, yenidən gəlsin. Amma əgər biz yıxsaq da o
hakimiyyət heç bir zaman dövlət olamayacaq. Doğru. İndi məncə bu dövlətin hakimiyyətin fərqini anladıq. Mənim beynim özü İran beynidir. Bunu mən sizə etiraf edeyim. Mənim Ona beynim görə 59 yaşım var. Bunu heç olmasa deyək ki 40'ın İran sistemində doldurmuşam. Onun üçün də hakimiyyətin dövləti elə burada İran sistemində yazmışam. İndi demokrasi sizin təşkilatın baxışında demokrasi yəni nə? Demokrasi yəni nə? Demokrasi bir dövlətin hakimiyyətinin millətin iradəsi əsasında o dövləti idarə edəcək hüquq sistemində bir çabadır. Hüquq sistemində bir çabadır. Çabadır yoxsa sistemdir? Hüquq sistemində bir çabadır. Baxın, Hüquq sistemində bir çabadır. Tamam. Gözəl. Bu da bir taza tərif. Taza tərif. Ama bunları taza təriflər verirsiniz. Gözəldir. Demokrasi üçün hangi şərtlər lazımdır? Dövlətimiz var. İnşallah da quracağıq. İradəmiz budur ki, dövlətimizi quraq. Dövlətimizi qurduq. Bütün demokrasini də gətirək. Demokrasi üçün hangi şərtlər lazımdır? Güney Azərbaycanda inşallah ki, orada demokratik bir dövlətimiz devam eləsin. Hər şeydən öncə özgür insan. Demokrasiyanın demək olar ki, yaşaması üçün özgür insanın olması olmazlardan birisidir. Olması. Yəni Toplum da birey. İnsan deyəndə mənzuruz bireylərdir, yoxsa toplumdur? Birey özgürlüyündən toplum yaranar. Birey özgür olmasa toplum özgür ola bilməz. Bireyin haqlarını demək ki, nə cür? Bax, təsəvvür edin. Qoy belə eləyək. Buradan bir misal gətirim. Özgür insan. Buna göre soruştum ki, Eldar Bey, buna göre soruştum ki, o zaman ki diyoruz ki birey, Güney Azerbaycan'da bireyin özgürlüğü var, kesin rəy versin. Ama özgürlüğü yoktu ana dilinde təhsil alsın. Burada bir toplum özgürlüğü istir ana dil üçün. Yox, belədir. İndi o bizim daha doğrusu açıq və azad dövlətlər tərifidir. Yəni, biz özümüzü, indi durumumuzu, vəziyyətimizi və İran adlanan ölkənin faşist sistemi ilə ölçmürük ki, biz gələcəkdə olan demokratik dövlət nə deməkdir? Demokratik dövlət nə deməkdir? Dövlət ilk öncə bundan ilk şərtlərindən birisi budur ki, özgür, bağımsız bir bireylərin sorgulama haqqını onlara vermək. Sorgulama haqqı nə deməkdir? Sorgulama haqqı bu deməkdir ki, dövləti idarə edən müəssisələri ki, hakimiyyət ola, daimən sorguya çəkər. Və daimən sorguya çəkmə haqqını bundan zayi etməyəsən. Bu çox önəmlidir. Ondan sonra demək ki, bax, buna nələr? Buna birey yaltaqlıq, buna daha doğrusu birey yaltaqlıq, buna korrupsiya, buna rüşvət, buna rant, bunların mütləqa bu əngəllərin qabağını almaq, bu əngəlləri aradan qaldırmaq birey insanların haqqının və sorgulama haqlarının ən önəmli faktorlarıdırlar. Ən önəmli faktorlar. Bunları nəzərdə almaq lazımdır. Yəni, bax, bir insan bir toplumda əgər dövlətinin eğitim vasitəsilə, dövlətinin demək ki, korrupsiya vasitəsilə başıboş olur, əgər fikirdən, düşüncədən tamamilə arınır, o toplumda demokrasiya deyilən bir şey mümkün olmayacaqdır. Çünki demokrasiyanı içdən yiyir dediyim bu məsələlər.
Özəlliklə 4 məsələ: yaltaqlıq, rüşvət, korrupsiya və bir də nə? Bir də rant. Bu dörd qut əgər girdi bir dənə toplumun içinə, o toplumda sən demokrasiyanı gətirə bilməzsən. Və demokrasiyanı gətirməyən bir hakimiyyət mütləqa və mütləqa diktatura və despotluğa çəkir. İndi bu bildik bu 4 dənənin. İndi bunlar şərtilərdəndir yoxsa məsələn ən başlıca şərtlərdən budur. İkinci başlı şərtlərdən birisi bu. Çoxulculuk. Yəni fərqli düşüncələr, fərqli fikirlər, fərqli etniklərin pluralizm işlənir İranda bunun yerinə. Təkəssür gərayi deyilir farsça. Bir araya gəlməsi. Yəni əslində belə deyək də, daha doğrusu biz indi təsəvvür eləsək, biz bunu belə təsəvvür edirik ki, Güney Azərbaycan Milli Qurtuluş Partiyasının düşüncəsinə görə Güney Azərbaycan milli dövlətçiliyi, Güney Azərbaycan milli dövlətçiliyi çoxulcu, toplumsal bir olmalıdır. Toplum olmalıdır. Çoxulcu, toplumsal, barışın və eşitliyin və ədalətin, baxın, toplumsal bir Buyurun. Toplumsal və daha doğrusu birkaç sene uçtum. Toplum, her bir toplumda çoxulculuk o toplumun bireysel barış ve adalet gücünün terazisidir. Bu bizim esas arzu ettiğimiz devletten şeyimizdir. Demek ki çoxulculuk oldu. Sonra toplumda eşitlik. Eşitlik neyin eşitliği? Bu eşitlik bu anlama gelmiyor ki herkes eyni seviyede, herkes eyni pulu alacaklar, herkes eyni işte işleyecekler, herkes mühendis olacak, herkes doktor olacak. Asla bu eşitlik demek değil. Eşitlik demek olar ki her insanın birinci ləyaqəti, yükseliş ləyaqətini ölçüsü lazımdır. Biri gedir, gecə gündüz çalışır, demək ki 20 yıl işlir, gəlir, nədir deyim, oxur, ondan sonra təhsil alır, yüksək dərəcədə gedir bir daha mühəndisliyi olur. Biri də yox ki, təhsil almır, gedir demək olar ki, həman bunun o mühəndislik etdiyi fabrikada işçilik edir. Bunların ikisinin eşitliği ne deməkdir? Bunların ikisinin eşitliği bu deməkdir ki, o öz ləyaqətinə görə, bu öz ləyaqətinə görə, ölçümünə görə demək ki, ne olur? Haqq alırlar, hüquq alırlar. Burada fərqli bəhsidir. Bunu soralar bəlkə bəhs eləyəcəyik, amma burada soruşum. Məsələn, mən Almandan oxurdum. Yazmışdı ki, xaricilər, məmuri xaricilər 1800 euro alır. Məsələn, mühendisler məsələn deyirəm 3000 alır. Məsələn, doktorlar da alır 4500 ya 5000. Baxanda mən deyirəm ki, bir dana taza işə başlayan adam alır 1800 euro, o da ki alır bir dana doktor 5000 euro, 3 qat fərqi var. Amma məsələn birdən baxanda bir dana topluma, məsələn İran toplumuna ya Kanada toplumuna, hətta baxanda Amerika toplumuna baxanda iftizahdır. Baxanda görürəm ki, məsələn bir dana doktor bir gündə eləyə bilir 50 milyon, 100 milyon qazana bir gündə. Bir dana xaricilər bir ildə 100 milyon qazananmış. Tamam, bu təxəssüs doğru yerində, amma da bu qədər də fərq doğru deyil məncə. Siz ne düşünüyorsunuz? O indi qalıbdır o ölkələrin demək olar ki sizin düşüncəniz, sizin partinin düşüncəsində bu ədalət dediniz ya, bu ədalət deməyək buna.
ləyaqət biz əsasında, təxəssüs əsasında gəlir sistemi. baxın, belə deyirik ki, biz bunu deyirik ki, hər insan maddi, mənəvi, demək ki, dövlətin qoyduğu haqlardan, hüquqlardan bərxudar olmalıdır. Bunun özünün çıxarı əsasında ondan necə istifadə edəcəkdir, necə ondan bəhrə alacaqdır, aparacaqdır, gedəcəkdir üstə, demək ki, onun qarşılığını da alacaqdır. O qarşılığın fərqli nə olursa olsun, o toplumda eşitlikdir. Biz deyirik ki, Amma qadınla çox kişinin fərqi var. Yəni məsələn çox dərin xaflar çıxır burada. Məsələn, tüm dövlət əməl edə bilir ya dağa dərman verə bilir. İki çox önəmli hesab olur. Məsələn, o indi yenə İranı misal vururam. Məsələn, deyim ki, o eləyə bilir. Məsələn, gələ dövlətlə işləyir, heç məsələn, mətəbbində gündə 50 dana mərizə, 100 dana mərizə baxır. Hətta bəzisi 300 mərizə baxır gündə. Hərəsindən məsələn 500 min tümən alır. Mən bu gün bir şey eşitdim. Bir dana mən tanıdığım bir adam ayağının tabanında o kəmiklərin arasında müşkül var. Ona bir iğnə vuracaqlar. Aha. O iğnəni alıbdı neçə 100 minə, o ayrı. Döktü, onu vurmaq üçün 700 min tümən alıbdı. Bir dana iğnəni o dabana vurmaq üçün 700 min tümən alıbdı. Bir dana xaricə, məsələn, mən tanıdığım genel adamı misal vururum. Bir dana bir yerdə işləyirdi, bir dana xanımdı, lisansı dəcil iştibah edəməsəm, bir dana bir yerdə işləyir, bir dana tükanda şey satır, 6 milyon alır ayda, Təbrizdə. Lisans bir xanım, müəllim idi, bazı şəxs olubdu, gedib indi orada işləyir, özünə çörək çıxarsın, 6 milyon alır, o da fəqət bir dana iğnəni vurmağa şimdi çəkəcək 10 dəqiqə çox səhsə alır 700 min tümən. Yəni, sübdən axşama bu 100 dana iğnə vursa, elər məsələn 70 milyon tümən. Ya bu doğrudur. Bu işlərdə bizim demək ki bir baxışımız vardı. O günlərdə söylədim. Dedim ki bizim ekonomi dağıtım demək ki paylaşımında fikrimizdə, düşüncəmizdə bir təsanüdçülük var. Yəni ortaq təbəqə yaratmaq. Bu ortaq təbəqə yaratmaq nə deməkdir? Bu deməkdir ki, insanların demək ki, o təxəssüsündən, ondan sonra uçurum dərəcədə bir-birindən fərqli olmasından deyil, bəlkə insanların bir-birinə yaxın olmasından, bir-birinin ortaq həyatda, ortaq demək ki, yaşamda bir-birinə yaxın olan sistemdə birləşməsi gerekir. Buna biz ümumiyyətlə misal vurduq ki, məsələn, bu günləri normal olaraq İskandinaviya ölkələrində, özəlliklə İsveçdə ki, buranın demək ki, ən böyük ölkəsi sayılır, bir müəllim ilə bir döktürün arasında olan fasilə çox-çox azdır. Çox-çox azdır. Çünki hesablı deyir ki, tamam. Nə qədər fərqi vardı? Hüquq olaraq bilirsiniz nə qədər fərqi var. İstəyirəm zehnimdə qalaq. Mən bir ölçü gələ əlimə. Əlbəttə. Azdan çoxdan bunu bilirəm. Demək ki, yeni işə girən bir işçinin ən minimum alacağı bunun 2 uşağını, ailəsini və kirasını, nəyini eləməkdir. Demək ki, idarə etməkdir. Və bunun da hardasa təqribən 1500 evro bunun gəliri olmalıdır. Yəni, vergisini veribdir. Ondan sonra burada bir şey de vardı. Arbeit yivara deyirlər burada. Yani işverenin daha doğrusu vergi hakkı. İşverenin vergi hakkı. Ve 32% her işçi vergi verməlidir. 32% her işveren işçinin hesabından dövlətə töhməlidir. Bir də vardı, forum şey deyirlər,
demək ki, O detayla getməyək. Detayla lütfən getməyin. Mən elə fəqət buyurun ki, məsələn, bir dənə müəllim neçə alır, bir dənə doktor neçə alır. Mən onu özdə doktor da əvvəlilidir, müəllimin də əvvəlilidir. Bu neçə alır? Bu 4 gün əvvəlli bu cür olur. Başlayan ilində demək ki, onun da əlinə mütləqa, yəni mütləqa deməyək, nisbi şəkildə demək 2100 evro bildiyim qədərilə pul gəlməlidir. Yəni müəllimin də əlinə 1500. Beləsi buyurdunuz. onunla bunun arasında, Aysa, onunla bunun arasında hardasa 20% fərqlidir. Tamam. Üçdə bir olmur. 20% olur. 20%. Çox gözəl. Bu çox gözəldir. Adilanə. Elə o səyahətdə demək ki, bir dənə ki, ən çox burada aylıq alan kəsimlər siyasi kəsimlərdir. İkinci aylıq alan kəsimlər hüquqçulardılar və üçüncü aylıq alan kəsimlər demək ki, elə belə gəlir daha polisdən, nədən, nəhayətdə gəlir demək ki, ən axır, ən sonuncu 1500 mütləqa bunun əlində pul qalacaqdır ki, bu demək ki, keçindirsin. Amma bu çox bir dənə keçən ölçüdür. Yəni mən burada baxanda indi cənabınızın da buyurduğunuzla deyirəm ki, doktorla xariciyərin arasında olan fərq 20%, 30%. Biz Güney Azərbaycan Milli Qurtuluş Partiyası olaraq demək ki, ədalət ölçümümüzü ictimai şəkildə belə götürmüşük və deyirik ki, təsanüdçü, yəni ortaq paylaşım sistemi Güney Azərbaycanda hakim olması gərəkir, lazımdır. Biz bunu belə götürmüşük. Tamam, təşəkkür edirəm. Çox gözəl oldu bu misal. Mənim beynim daha açıqlandı. Amma indi demokrasinin şərtlərini danışdırdıq. Mən girdim ortaya, ayaqyalın, sizi çatdırdım. Bir də əgər xülasə desəz, feminist desəz. Dedim, toplumsal eşitlikdə ki, bunların da birisindən qadınla kişinin arasında, bax, qadınla kişinin arasında eyni işdə, eyni demək ki, fəaliyyətdə, eyni səviyyədə ikisinin də alması, ikisinin də para qazanması, ikisinin də demək ki, məişəti eyni olması lazımdır, eyni olmalıdır. Bu da özü çox önəmli məsələlərdən biri. Hal-hazırda İskandinaviyada bu mərhələyə gəlib çatmayıblar. Yəni, bir dənə müəllim, qadın müəllimi kişi müəllimindən az alır. Mütəəssifانه Kanadada da o cürdür. Çalışırlar, düzəldirlər, amma hələfindən. Demək ki, Ayso, demək ki, demokratik hüquq dövləti, həman məsələ, demokratik hüquq dövləti. O günlərdə dedim, indi də deyim, az dövlət, çox millət. Az dövlət, çox hüquq. Az dövlət, çox hüquq. Bu çox önəmlidir. Yəni, az dövlət, çox hüquq nə deməkdir? Bir toplumun hüquq gəlişməsi o qədər çox böyük olmalıdır ki, o qədər çox böyük. Toplum dedi, toplumsal qruplar, yəni sivil toplum quruluşları o qədər böyüməlidir ki, dövlət də onun nisbətində o qədər kiçilsin. Nə qədər dövlət kiçilərsə, demokrasiya o qədər böyüyər hər toplumda. Bu da hüquq cəhətindən. Başqa cəhətlərdən də siz yine danışaq, yoxsa əgər bir şey varsa, söz varsa. Təşəkkür edirəm. Demokrasi üçün, demokrasi hangi şərtlərdə demokrasi tətil etmək lazımdır? Demokrasiyanın tətil etməsini yenə dəfələrlə danışmışıq, yenə danışırıq. Demək ki, çox böyük fəlakət. Bu şeyi nəzərə alın. Azərbaycan Cumhuriyyəti, Güney Azərbaycan Türk Cumhuriyyəti qurulub, o şəraitdə danışırıq indi bunları. Tamam. Demək ki, Allah eləməsin, böyük bir fəlakət yarandı. Böyük bir fəlakət gəldi, bir deprem gəldi. Demək, bizim bütün şəhərkətlərimizi, bütün vurdu bir-birinə, minlər insanımız fəlakət oldu. Türkiyədə çilə takip keçəniz oldu.
Orada demək olar ki, dövlət sıxı sistem elan etməlidir. Çünki dövlət sıxı sistem elan etməsə, demək ki, dövlətin içinə sızıb və ya sızacaq 5-ci kolonlar anında fəaliyyətə girərlər. Bu fəaliyyətlərin əsası bir fürsət olar bizim düşmənlərimizə. Eşikdən bizim hakimiyyətimizi, dövlətimizi sındırmaq üçün. Bu bir məsələdir. İkinci məsələ budur ki, savaş oldu. Savaş oldu. Gəldi Tehran, İran demək ki, indi Farsistan dövləti gücləndi, böyüdü, filan elədi. Elə yenə həvəs elədi ki, bizə nə eləsin? Hücum etsin. Necə ki, 1946-cı ildə hücum etdi. Onda artıq sıxı dövlət elan olmaz. Ya ordu dövləti, ordu hakimiyyəti elan olmalıdır. Və bu ordu hakimiyyəti dövlət, savaş dövləti kabinəsi təşkil edər. Məsələn, nümunəsini ilə deyək, bu günləri, ittifaqən ilə buna deyək, bu günləri İsraildə demək ki, dövlət Savaş kabinəsi ləğv oldu. Sükut etdi. Savaş kabinəsi sükut etdi bu günləri. Yəni bu bir şeydir. Səbəb bu idi ki, deyirlər ki, artıq lazım deyil. Bizim demək ki, Tilaviyamız burada xətərdə deyil ki. Biz öz sınırlarımızdan eşitdə savaşırıq. Artıq lazım deyil ki, milləti bu şeylə, demək ki, bu sıxı yönetimlə sıxasan, içində saxlayasan və onun demokrasisini alırsan. Məsələn, nə deməkdir? Məsələn, bu deməkdir ki, saat filan kəsdən, saat filan yerdən, filan saatdan, filan saata çıxmayacaqsan eşiyə. Filan saatdan, filan saata evdə qalacaqsan. Məsələn, bəzi fabrikalar çalışmayacaq, işləməyəcək, mədrəsələr işləməyəcəkdir, filan eləməyəcəkdir. Bu sıxı dövlət deməkdir, savaş zamanında olur. Ondan sonra daha doğrusu iç qüvvələri tərəfindən çevriş ortaya gəlibdir. Bu iç qüvvələr tərəfindən çevriş ortaya gələndə demokrasiya müvəqqəti olaraq tətil olur. Və orada demək olar ki, dövləti hifz eləmək üçün mütləqa sıxı və çivik dövlət lazımdır, ehtiyacdır. Bunlar ümumiyyətlə Çox sağ olun. Dünyada bir çox demokrasi örnəkləri var. Siz necə bir demokrasinin tərəfdarısınız? Hüquq dövləti bizim üçün hüquq dövləti hər şeyin üstündə dayanır. Hüquq dövləti dediyim kimi nə deməkdir? Ən başda bayaqları dedim, yenə bir deyim, yönətimi kontrol etmə. Yönətimi kontrol etmə sistemi daimən tətilsiz olaraq işləməsi gərəkir. Bu yönətimi təhlükə eləmək cəzadır, cəza qanununun, ondan sonra hüquq qanunundan, daha doğrusu bir-birindən sərbəst olması, azad olması, icra qanununun ikisinin üzərində baskısı olmaması lazımdır. Bu kontrol sisteminə gedir. Kontrol sistemi belə. Bir də ki, kontrol sistemində bayaq da işarə etdiyim sivil toplum quruluşların ən böyük rolu vardır və belə. Yəni, siz belə bir demokrasi axtarırsınız. Bağımsız yargı, bağımsız qanun verici orqan və bağımsız icra edici orqan. Bunlar daha doğrusu tabii ki bir hüquq dövlətinin başını çəkən ən önəmli... Necə siyasi partilər, müxalif partilər? Elə, əlbəttə ki, mən dedim, bilirsiniz, sivil toplum quruluş deyəndə partilər də onun içində olur. Məgər bir parti hakimiyyətə gəlib, hakimiyyəti əldə etsin. Onda artıq sivil toplum quruluşu olmur, hakimiyyət olur. Hakimiyyət, tamam. Sizin düşündəki... Buyur. Avropada və demokratik ölkələrdə bir parti şeyində dərnək və dərnəkçilik daha doğrusu başlığı altında tərif olunur. Bildiniz? Yəni bir parti
öncə olur dərnək və dərnək formasında çalışır, işləri. O zaman ki böyüdü, getdi, artıq yetişdi hakimiyyətə, onda olur hakimiyyət. Tamam. Doğru. Sizin düşüncədəki demokrasiyada ən önəmli varlıq və iradə kimin iradəsidir? Millətin iradəsidir, dövlətin iradəsidir, məclisin iradəsidir, yoxsa qanunun iradəsidir? Yasa iradəsi, yəni qanun iradəsi hər şeyin üstündə dayanır və qanunun da iradəsini demək ki, millət tərəfindən Milli Məclis, parlament təmsil edir. Sizin dediğiniz, sizin partinin inandığı demokrasinin zamini kimdir ki, o cür icra olacaqdır və ondan taşmayacaqdır? Parlament. Parlament, çünki parlament hər 4 ildən və bəzi yerlərdə hər 5 ildən bir, amma ümumiyyətlə 4 ildən bir, demək ki, millətin iradəsi ilə seçilir və millətin iradəsi dövlətin hakimiyyətini təzmin edir. Tamam. Demokrasinin necə ölçmək olar ki, demokrasi olsun və demokrasi az olmasın? Yəni Qatılım farsı dildə hədd əqəlli demokrasi, hədd əksəri demokrasi. Qatılımçı, sivil və açıq toplum. Qatılımçı, sivil və açıq toplum olduğu yerdə demokrasi hər zaman təzmin altındadır. Bax, qatılımçı, sivil və nə? Qatılımçı, sivil, bir də açıq toplum. Necə açıq? Açıq toplumda demək ki, həkəmənlik, hakimiyyət millətindir. Hakimiyyətin aynası mediadır, açıq mediadır, azad mediadır. Ondan sonra sivil dediyimiz sivil toplum quruluşların fəaliyyəti əsas olaraq götürülməsi lazımdır. Bir də qatılımçı olmaq. Yəni hər şeydə millətin haqqını, hüququnu və qatılımçılığını təzmin etmək. Bunlar bir demokrasiyanın təzminatıdır. Gözəl. Sizin əlbəttə mən burada sormuşdum, necə ölçürlər? Yəni o ölçünü, demokrasinin necə ölçək ki, aşağı demokrasi olmasın, kiçik demokrasi olmasın, böyük demokrasi olsun, ya siz istədiyiniz demokrasi olsun. Onu necə ölçüyor? Yəni onu dedim də, baxı dediyim kimi qatılımçı deyəndə, yəni aşağıdan pöhrələn demokrasiya. Yəni millətin içindən demokrasiyanın olub və nəhayət budur ki, böyüyüb gəlib və sivil toplum quruluşları vasitəsilə geniş demək ki, geniş alanda dərnəklərin yaranması. Bu dərnəklər dediyimiz məsələ çox bəsit olmasın. Avropanın dövlətlərini bu günləri təzmin altına alan əsas faktor sivil toplum quruluşları. Yox, bilirsiniz, gedirsiniz təzminə, mən təzminə yox deyirəm ki, bir dənə parametr qoyaq ki, demokrasini ölçək. Məsələn, biri budur ki, radyo, televizyon, ruznamələr, filanlar azad olsun. Bu doğru. Yəni bundan ölçə bilirik ki, nə qədər azadlıq var. Düşüncə azadlığı, yayım azadlığı, basın azadlığı, bunu düşün, bu bir ölçəkdir. Daha nələr ola bilər, onun üzrə ölçək. Mən bayaq bunu daha bir yarım cümlədə işarə etdim. Dedim ki, az dövlət, çox hüquq. Az dövlət, çox hüquq olunca, yəni təsəvvür elə, onların hamısını yığ bir terminin, demək, devizin içinə və tərif elə. Çox hüquq, genişlənmə şəklində, formasında hüquq və az dövlətin kiçilməsi. Dövlət nə qədər kiçik olsa, elə demokrasi böyükdür. Yəni sizin düşüncəniz budur. Təzmini və böyüməsi. Gözəl. Demokrasiyə qarşı mübarizə ilə necəsiz? Necə yox? Demokrasiyə qarşı mübarizə ilə necə yox? Bəli. Çox pis o.
Çok nazikti ya. Yani kim demokrasiye karşı durarsa, kim demokrasiye karşı demek ki tutum ortaya koyarsa adalete, adilliğe karşı ortak olubdur ya onun başçılığı nedir? Ve onlar Cumhur İslamı ve onlar diktator, despot ölkələr. Yəni belə bir şeyler olar. Biz tabii ki Mesela bundan çok pis. bazı dostlar var. Mesela bazı dostlar var deyirlər ki, Hollandiyada bir anarşi var. Hollandiyada Aha. bir anarşi var. Demokrasiden de çok güzel idare edilir şəhərləri. Mesela buna necə baxarsınız? Yani bir dana düşünce ortaya gələr ki, farklı bir düşüncedir ama demokrasiden de üstün millete imkan verər. Yapıyorsunlar ki desinler. Bakın bu anarşi dediğimiz daha doğrusu e, devlet organları, devlet sistemi ihtiyaç yoktur millete. Milletin əslən devlete ihtiyacı yoktur ki. Millet özü hemen o öz gücüyle, kuvvesiyle, kudretiyle, demek öz idaretiyle, rəhbəriyyətiyle özünün işlerine idare eder. O bir seçimdir. O bir seçimdir. Ama devletin seçimi değil, milletin seçimidir. Milletin seçimidir ve demek ki bu tür anarşiyalarda, anarkist hareketlerde daimilik yoktur. Müvəqqəti var. Seçilaq, olaq, biz bitenden sonra bitsin. Sonra bir başkası gələr, seçilər, olar və bitirər. Beləliklə demək olar ki, idarəçilik, müvəqqəti idarəçiliklər olur və qeyri-dövlət idarəçiliklər olur. Mən bunu bizim toplumlarımızda 1000 il bundan sonra bəlkə üz verməyə heç bunda bir də Hüləndidə hüquq dövləti var. Hüləndidə mərkəzi hüquq dövləti vardı. Bilmirəm, hansı dostumuz bunu deyibdi. Hətmən ki, onun çox böyük bir Hüləndişinasdır. Xəbərim yoxdur mənim. Amma mən bilirəm ki, Hülənd Avropa Birliyinin üzvüdür. Avropa Birliyinin üyəsi olan Avropa Birliyinin qanunlarına əsasən və parlamentinə əsasən ki, bu günləri yeni parlamentidə and içdi. Demək ki, bunun əsasnaməsinə, anayasasına əsasən hüquq dövləti olması gərək. Doğru. Tamam. Bu bahsiden tutardık. Hakimiyet ve demokrasini de biraz araştırdık ve tartıştık beraber. İndi gedək biraz azadlığa görək. Azadlıq nedir? Sizcə sizin parti düşüncəsi azadlıq sözündən, qavramından nədir? Azadlıq yəni nə? Azadlıq yəni haqların azadlığı. Haqların azadlığı. Baxın, azadlıqla haqqın arasında belə deyim də bir tük qədər bir-birindən fərqli fasiləsi var. O yerdə ki haqq tərif olunur, mütləqa o yerdə azadlıq təmin olunmalıdır. Ki, haqqı tərif olunsun. Haqqı olmayan yerdə azadlıq da yoxdur. Azadlıq olmayan yerdə haqq da yoxdur. O baxımdan biz demək ki, partiya olaraq azadlıq ilə haqqın ikisini bir yerdə tərif edirik və bir yerdə də bayaqları elə təriflərimin əsasında da ki verdim, o təriflərimin əsasında da demək olar ki, haqlar da hakim idilər, haqlar da var. Azadlığı indi nə tərif edirsiniz? Azadlıq bireyin bir azadlığı vardı, toplumun da bir azadlığı vardı. Yani bir azadlıq dedik özgür insan. Özgür insan. Dedik ki özgür düşüncə. Dedik ki özgür seçim. Dedik ki özgür həyat tərzi. Dedik ki bunlar özgür olur azadlığın türkçəsi. Azadlıq məsələn desək farscadır. Onun türkçəsi özgür. İndi bu özgür yəni nə mənə? Özgür. Bütün insanın bütün demək ki haqlarına özgürlük lazımdır.
haqları əldə etmək üçün mütləqa onun özgürlüyü gərəkdir ki, o haqları alsın. Yəni Haqları, siz haqlar, özgürlüyü haqqın çərçivəsində, zindanında tərif edirsiniz. haqların alınması bir azadlıq deməkdir. Bu qədər. Yaz Haqların kanun Mustafa bilmirəm. Deyirik ki, haqq yəni azadlıq. Haqların əldə edilməsinə azadlıq deyirlər. Haqqların əldə, gözəl, okey. Haqqların əldə edilməsinə azadlıq deyirlər. Tamam, tamam. İndi nələr azadlıq hesab olur? Nələr azadlıq hesab olur? Bəli. Azadlığın, veya yine misal vurdum, demək ki, hər şeyin başında insan. İnsanın azadlığı. Bak, her şeyin başında insan. İnsan olmalıdır ki azadlıq olsun. Yok, tamam. Ve azadlıq. Yani şimdi bu insan olmak bir hak değil ki. Bir icbardır, bir zorluqdur. Yəni doğuruq nənədən insanıq. İndi burada azadlığın mənası nədir? İnsan azad, insan yəni nə mənə? Nə cür özgür insan. Özgür insan yəni nə demək? Özgür insan bu demək ki, iradəsinə hakimdir. Ondan sonra alacağına, verəcəyinə, ondan sonra fikrinə, düşüncəsinə, dininə, inancına, ondan sonra seçiminə, müsafirətinə və Türkçesinin o yaşam tərzinə və əldə etdiyi hüquq məişətlərinə, azaddır. Bunların hamısını bir araya gətirərsən, azad insan tərif olunur. Ortaya. Yəni cüziyyatın dedim hamısı. İndi nələr azadlıqdır? Ya nələr azadlıq deyil? Məsələn, belə də soruşmaq olar. Nələr azadlıqdır, nələr azadlıq deyil? İnsandan qəsb olunan hər şey demək ki, azadlıqdan qəsb olunmuşlardır. Azadlıq deyil. Azadlıq deyil. İnsandan qəsb olunmuş hər şey azadlıq deyil, ya azadlıqdan qəsb olunmuşlardır. Biz daha doğrusu belə deyək. Nəsimi deyər ki... İndi burada iki dənə məsələ mətrəh olur. Mən özümü bir iddə öz iradəmlə, özümü bir iddə haqların sahibi bilirəm, amma qanun o haqları mənə vermir. Burada mənim azadlığım nədirdir? O qanun sənə sən əgər özün demək ki, o qanunların ötəsində bir azadlıq tələb edirsən, o qanunların əsasında bir azadlıq tələb edirsən, ötəsində bir azadlıq tələb edirsən, onu qanun sənə verməyə bilər. Məsələn deyim. Məsələn, demək ki, Mələk Ammuda, belə deyək, xiyabanın ortasında sən istəyirsən ki, özünü... Yox, oraya getməyəm. Yox, o cür getməyəm. Mən ana dilimdə dərs oxumaq istəyirəm. Çox gözəl misalı budur. Niyə ki, paltar soyunmağa, heç paltar mən istəmirəm soyunam, üşüyən bir adamam. Mən görürsünüz, qışda da, yayda da beləsi geyirəm. İndi Torontoda, çox ciddi bunu deyirəm, Torontoda 42 dərəcədir, mən su şerti ilə çıxaram eşiyə, üşüyürəm. Mən bir üşüğən adamam. Onun üçün xiyabanı misal vurmayın. Mən istəyirəm ana dilimdə dərs oxuyam. Mən istəyirəm milli dövlətim olsun. Amma bunu qanun mənə icazəli vermir. Siz baxın, siz azad Azərbaycanda söhbət edirsiniz. Bayaqdan girmiş... Azadlığa gələndə getdik şeyə. Azadlığa gələndə Azərbaycandan çıxdım. Ona görə dedim ki, azadlıq bəhsinə getiririk. Çünki azadlıq bəhsi Azad Azərbaycanda azadlığı necə tərif edirsiniz? Yox. Azad Azərbaycanda yox. Hakimiyyətdən çıxanda dedik ki, Azərbaycan. Tamam, mən əgər onu da demiş olsam üzr istəyirəm, amma beləsi deyil. Mən indi... Mənim ana haqlarım əlimdə, mənim hər şeyim əlimdə da artıq demək olar ki, mən o toplumdan sizə şey eləyəm. Cavab verirsiniz. Misal gəlir. Amma misalım o deyildi. Misalım bu idi ki, və azad Azərbaycanda siz dediniz ki, azadlıq ötəsində
qanun ötəsində, qanunun dışında, eşiyində azadlıq istəyirəm, amma o qanun mənə vermir. Mənə vermir. Aha, Mən bəli, dedim ki, qanun yapmaz sizə versin. Məsələn, siz istəyirsiniz ki, bir dənə xiyabanda Allah eləməsin, həyatınıza son verəsiniz, bir dənə benzin götürmürsünüz, istəyirsiniz özünüzü yandırasınız. Qanun buna haqq vermir sizə. Qanun anında gələcəkdir sizi məhrum eləsin o haqdan. Çünki o haqqı sizin demək ki, toplumunuza çox böyük ziyan verir. Çox böyük ziyan verir. Siz niyə özünüzü öldürmək istəyirsiniz? Sizi demirəm, özünüzü əlbəttə. Siz demək ki, istəyirsiniz ki, məsələn deyirəm, son verəsiniz öz həyatınıza. Daha çox məqul şeylər var, işlər var, sözlər var. Daha çox məqul vəsilələr vardır. Niyə gəlirsiniz özünüzü ot vurasınız və topluma da həm ruhi cəhətdən, psixolojik cəhətindən, həm görüntü cəhətindən ziyan verəsiniz. Buna qanun haqq verməyəcəkdir. Əlbəttə ki, haqq verməyəcək. Məsələn deyirəm, mən özümü azad edirəm ki, Dünənəcən, beləsi bu bəhsi mən bir ayrı cür açım. Siz gətirdiniz ortaya bu özünü öldürmək. Özünü öldürmək bəhsim. Dünənəcən insanlar deyirlər ki, insanın, yəni filosoflar deyirlər ki, insanın azadlığı özünün həyatına son vermək qədər deyil. Vermək haqqı yoxdur. Çünki ən kutsal varlıq dünya üzündə yaşamdır, dirilikdir. Doğru. Onu son vermək heç kəsin haqqı deyil. Hətta adamın özünün. Amma bu günləri deyirlər ki, Kanadada buna qanun da təsvib oldu. Əgər zəcri çəkirsən və bu zəcri çox uzun zamandır, dava dərman da olmur, əlac olmur, onda özünü bir şərtlər altında öldürə bilərsən. Yəni, hüquq dünənəcən. Hüquq dünənəcən o şərti rəsmiyyətə tanımırdı, amma bu günləri rəsmiyyətə tanır. İndi mümkündür, mən İnsafəli Hidayət müstəqil Güney Azərbaycanda, Azərbaycan Türk Cumhuriyyətində bir haqq istəyən ki, dövlət deyək ki, qanun deyək ki, mən bunu sənə vermirəm. Amma mümkündür, 50 il sonra həman qanun gələ dəyişə deyək ki, bu İnsafəli Hidayətin 50 il bundan qabaq haqqı idi. Niyə verməmişdik onu? Buradadır ki, soruşuram, azadlıq nələr azadlıqdır, nələr azadlıq deyil. Baxın, bizim tərifimiz vardı. Və o tərifdə elə kətbi də gəlibdir. Deyir ki, insan demək, cəvhər-i laməkandır. Nəsiminin o beytin misrəyindən almışıq Nəsiminin. İnsan cəvhər-i laməkandır. Yəni nə deməkdir? Yəni insan bir varlıqdır ki, bütün məkanların şirəsi və eyni zamanda bütün laməkanların da daha doğrusu elə cəvhəridir. Yəni, bu böyüklükdə biz tərif etmişik insanı. Ona görə də bütün fəlsəfəmiz ilk gündə idi, danışığımızda, söhbətimizdə. Siz mənə dediniz, mən dedim ki, insan hər şeydir. Bizim baxışımızda insan hər şeydir. Və ona görə də elə tərifimizdə də gəlmişik. Yəni, dedim, Nəsimidən alıb, insan cəvhər-i laməkandır. Bu insan cəvhər-i laməkanlığını məhdud edən, hüduda çəkən, çarçuviyə çəkən, demək ki, bunu zəbt edən qanunlar bizə görə aradan qaldırılmalıdır. Ancaq bir qanunlar vardılar ki, o qanunların baxmayaraq ki, demək ki, necə deyim, üzərində müəyyən dərəcə şeylər vardı, demək ki, işğallar vardı. Məsələn, nümunəsi budur ki, niyə bir insan gerçəkdən də cəvhər-i laməkandır, bir insan. Əlbəttə ki, biz insan birey olaraq tərif etmirik ki, insanı insan olaraq tərif edirik. Və insan olan bir varlıq, bir mövcud ki,
indi nə zaman yaranıbdı, necə yaranıbdı? Demək ki, cövhər laməkandır. Və ona görə də dünyanın hər nöqtəsində barışıqdır, ondan sonra qardaşlıqdır, ondan sonra təzamuhdur, nə bilim, bərabərlikdir. Yəni savaşdan, ondan sonra daha deyim, insanı məhv eləyəcək hər şeydən azad olan bir insan yaratmaq istəyirik biz. Bu insan yaratmaq bu anlama gəlməz ki, qanunları pozacağıq. Yox. O qanunlardılar ki, bu insanı yaradır. Elə bayaq dediyim misal idi ki, bir insanın nə qədər də özündən nifrəti olsa, nə qədər də toplumundan nifrəti olsa, o qədər azadlığı yoxdur ki, Amma mən gəlsin yenə baş özünü. tapmadım. Yenə bilirsiniz, baş tapmadım ki, azadlıq nədir? Azad olmayanlar nədir? Və azad Ya nələr azadlıq, azadlıqdır, nələr azadlıq deyil. Bunu bilmədim. mən bayaq azadlığı dedim axı. Dediniz, Azadlığı amma dedim. nələr azadlıqdır? Yəni misallar istəyirəm. Azadlıqda ona da misal verdim. Dedim bir insan özünü demək toplumun ləyaqətindən Öldürəbilməz. Tamam. Anladım. ləyaqətindən eləsə azadlıq deyil. Tamam. Tərif eləsə azadlıq. Tamam. Bu qədər. İndi bu birinci sual. Azadlığı qanunla, polislə, mafya ilə əzmək istəyənlər var. İstərlər də, istəyə bilərlər də. Azadlığın zəmanəti nə olmalıdır? Sizcə. Azadlığın zəmanəti qanun. Nə olmalıdır? Qanun. Azadlığın zəmanəti qanun olmalıdır və qanunun doğru düzgün hüquqlar üzərində riayət olunması. Nəcür, hardan nizarət nəcürdür? Bunu nəcür bilək ki, məsələn, qanun doğru düzgün icra olur? Nizarət budur ki, bayaqlar yenə tərif elədik. Dedik ki, demək ki, sivil toplum dediyimiz insan demək, insanların demək, mütəşəkkil olması deməkdir. İnsanların mütəşəkkil olması, insanların öz əli ilə öz imurətlərini idarə etmək haqqına malik olmaları və bunların demək ki, hər hansı bir tərzdə bunları məhdud etmə cəhdinə, çabasına qarşı durmaq bunun zəmanətidir. O da azadlığın tərifi kimin iradəsinə və istəyinə bağlı olmalıdır ya bağlıdır? Azadlığın tərifi insanlığın iradəsinə. Həman şeydir ki, azadlığın tərifini dedik. Demək ki, insan cövhər laməkandır. Bu bizim tərifimizdir ondan, insanlıqdan. Amma bu ki, bu nə qədər icra olunur, nə qədər bunu demək ki, təzmin olunur, o dövlətlərin hüquqsal bacəsindən keçər. Yəni, hüquq dövləti insanlığın təzminatçısıdır. Faşist dövlət insanlığın qatilidir. Yəni, sizcə bunu parti tərif edir, dövlət tərif edir, qanun tərif edir, qüvvə qəzaya tərif edir, ya o toplumsal qurumlar, quruluşlar tərif edirlər, nələr tərif edirlər? Yox, hər kəs özündən bir nisbi tərifi vardır. O nisbi tərifi nəzərdə alsaq, hər kəsin tərifi demək olar ki, bir-birinə yaxındır. Hər kəsin, məsələn deyirəm, siz bu günləri gedirsiniz ki, məsələn, Milli Qurtuluş Partiyası insanı bu cür tərif edir. İnsan, demək ki, cövhər laməkandır. Bir şairindən alır, belə tərif edir. Bir tane də ərəb sözüdür. Doğrudur. Ancaq olsun, biz əmanət almışıq da o sözü. Doğrudur. Anlayırıq nədir, nə deyil. Bir dənə İngilisdən geçsən soruşsan, bir dənə Amerikadan, bir dənə filan deyər, doğrudur. Mənim də tərifim ona yaxın bir şeydir. Yəni, insan demək olar ki, nədir? Şahi məxluqat. İnsanlar, bütün canlıların hamısının məxluqudur, hamısının sahibidir. İnsan, daha doğrusu, əşrəf məxluqatdır. Görürsünüz, məsələn, insan, o da İslamdan gəlmiş bir tərifdir. Bir-birinə çox yaxındırlar.
bir-birinə aid etmək çox çətindir, İnsaf Əli bəy. İnsanlıq ancaq ən üstün Mən burada məqam. çox dayanacağım indi azadlığın üstündə, bu qavramın üstündə istəyirəm çalışıram. Görüm ki, azadlıq nə qədərdir, onu dərk eləməyə çalışıram. Azadlığın sınırlarını kim tərif edir? Azadlığın sınırlarını Haracan deyil. Yəni bunu kim deyir? Qanun təyin edir və azadlığın sınırlarının qanunları hər ölkədən ölkəyə dəyişir. Hər ölkədən ölkəyə dəyişir. Məsələn, İranda bir dənə qadın haqqı yoxdur ki, demək ki, başı açıq çıxsın eşiyə. O, səlb azadlıq sayılır. Halbuki, əsl azadlıqdır. Əsl azadlıq o da dünyada. Amma İranda səlb azadlıq sayılır. Yəni, bir dənə xanım qız, demək ki, başı açıq getsə, sanki o toplumun demək, azadlığını səlb edir. Halbuki, o toplumun azadlığını səlb eləmir. O, qafanın, o fikrin, o zehniyyətin ki, bugünə aid deyil, 1500 il bundan qabağa aiddir, ən azından, onu demək olar səlb edir. Halbuki, onun tərsi, o adam ki, məğnəni taxıbdır bizim qızımızın başına, o azadlığı səlb edir. Baxın, ölçümlər çox fərqlidir. Çox. Türkiyədə bir dənə çadralı ilə, bir dənə demək ki, lətəhli ilə, bir dənə azad qızın heç fərqi yoxdur. İkisi də gedirlər, otururlar universitetdə, ikisi də oğlanlarla birlikdə dərs oxuyurlar və ikisinin də azadlığı o cür tərif olunur. Amma İranda bir-birindən çox bəhs. Bir dənə Türkiyədə, üz istəyirəm, bir dənə də deyim, məsələn deyirəm, Türkiyədə demək ki, istəyirsən filan yerdən filan yerə səfər eləyəsən, gedəsən, orada şeylər vardı, xalq otobusları vardı filan behman. Hər kim, hər yerdən istədi miniri və orada buna. Yox, İranda elə deyil. İranda otobuslar hamısı yarı bölündülər. Dalı tərəf qadınların, qabaq tərəf kişilərin deyə, bir-birinə toxunmasınlar deyə. Azadlığı səlb etməklə azadlığı əldə etməyin anlamları tam bir-biriyle fərqli bir Yəni şeylər. azadlığı nisbi bilirsiniz siz. Deyirsiniz ki, azadlıq nisbidir. Həm nisbidir, həm də ölkə, rejim, sistem fərq edir. Fərqli tərif olur, qanuni. Okay. Azadlığın sərhəddi var mıdır? Ya sərbəst bir azadlıq düşünürsünüz siz? Sərbəst azadlıq anarşist deməkdir, anarxiya deməkdir. Sərbəst azadlıq demək ki, Machiavelli'nin o azadlığa çatmaq, bütün azadlıqları səlb eləyən, hər şeyi vur dağıt və azadlığı demək olar ki, sənə məhdud eləyən dövləti yıx, dağıt, get deyə belə bir şeydir. Azadlıq nisbidir və azadlığın da sınırları nisbidir. Yəni sınırlıdır. Ekonomide də azadlığı düşünürsünüz? Ekonomide da azadlığı düşünürəm. Ekonomide azadlıq azad bazar deməkdir. Yəni azad bazar yaratmaq. Yəni daha doğrusu belə. Təbii ki, biz ekonominin sıxılmasını, ekonominin dövlət əlinə keçməsinin şiddətlə müxalifiyik. Dövlətin vəzifəsi ticarət deyil. Dövlətin vəzifəsi ticarətin qanunlarını rəhbərlik etməsi, qanunlarını demək ki, toplumda sərgiləməsidir və onlara nizarət etməsidir. Əlbəttə ki, tərəfdarıyıq. Azad ticarətin tərəfdarıyıq. Tamam. İndi bu ekonomide azadlıq haracan uzanabilir? O yerəcən uzana bilir ki, milli mənafeyi, demək ki, millətin mənafeyini, dövlət mənafeyini başqaların, biganələrin əli ilə taraza verməsin. Biz dedik ki, burada dövlət
var. Dövlət nə qədər kiçilirsə, demokrasi o qədər böyüyər. Demokrasi o qədər böyüyüncə ticarət də o qədər böyüyür. Bunu dedik. Amma kiçik dövlətin də qanunlara riayət eləməsi, o qanunların əsasında daha doğrusu azad ticarətin sınırlanması çox önəmlidir. Məsələn, bu günləri eşitdim ki, yaxınlarda, keçən həftədən elə bir etibarən, gələn ayın əvvəlindən burada bir sistem bulaqet vardı. Sosial demokrasi sistemində bəzi Aha, bizim monopoliyalar. dəstimiz qutardı. Elə burada qoyaq qalsın. 20 saat, 18 saniyəmiz qalır. Çox sağ Yox. olun, təşəkkür edirəm. Bu günləri siz, çünki Göktür pezeşkanın adını gətirdiniz, sizdən bir nömrə əskildik. Ən önəmli, ən ərdəmli ünvanı aldınız. Gecəniz xeyrə